Salam əziz və hörmətli dostlar. Mən İnsaf Əli Hidayət, Düşüncə Bağı proqramının aparıcısıyım. Bu günləri Əmir bəy Mərdani cənabları Azov sözcüsü olaraq xidmətində olacağıq və bərabər çalışacağıq ki, bu təşkilatın düşüncələrin, siyasətlərin, ideolojisin, fəlsəfəsin, yolun, siyasətin, gələcəyi nə görür, bizi hara istir götürsün, bunlarla daha çox tanış olaq. Bilirsiniz, bu partilərlə tanış olmaq üçün bir düşüncə otağı yaratmaq düşündük. Bu otağın adını qoyduq Düşüncə Bağı və bura proje tərif elədik ki, bizim projemiz yadıma düşdü dostlar ki, mən çəplik çalmamışam. İcazənizlə çəplik çalım ki, dostumuz rahat eləyə bilsin, bu şeyi həll eləyə bilsin, edit eləyə bilsin. Salam əziz və hörmətli dostlar, İnsaf Əli Hidayətəm və Düşüncə Bağını aparıram. Bilirsiniz ki, biz Düşüncə Bağını onlayn olaraq düşündük. Belə düşündük ki, əgər pulumuz və dövlətimiz yoxdur ki, biz bir düşüncə otağı yaradaq, özümüz tək bir adam olaraq dostlarla birlikdə gəlib burada oturaq və bir düşüncə otağı yaradaq. Bu düşüncə otağının adını qoyduq Düşüncə Bağı və ora proje tərif elədik ki, nəyin üstündə işləyək. Dedik ki, Güney Azərbaycan və İranda yaşayan türklərin, siyasi partilərini çağıraq, onların liderlərin ya onlara mənsub olan hər kəsi ki, onları müəllif elərlər, tanıtdırarlar. Onları çağıraq, onların siyasətlərinə görə, düşüncələrinə görə, yol xəritələrinə görə, fəlsəfələrinə görə, stratejilərinə görə, təşkillərinə görə, hər sahədə, hətta bəzi kəlmələrin anlamı nədir onlar üçün, düşüncələri nədir, hissiləri, duyğuları nədir, belə onları danışaq. Və bunun üçün də bir 500-ə yaxın sual yazdıq. Göndərdik bu partilərə. O əvvəl onlardan dəvət elədik, sonra sualları göndərdik, sonra bir işləmək, qrup, əməkdaşlıq qanunları çərçivəsi yazdıq, o çərçivəni də göndərdik. Hamısını dəvət elədik. 2 parti dedi gələ bilmirik. Biri əlbəttə rəsmən dedi gəlemirik. Güney Azərbaycan Dövlətçilik Şurası, Milli Dövlətçilik Şurası. Dedi ki, biz taza hələ qurulmuşuq, çalışırıq. 1 ildən çoxdur əlbəttə. Qurulmuşuq, çalışırıq, biz hələ çox şeylərimiz hazır deyil. Onun üçün hazır deyilik. Bir də Camuh təşkilatı, Döktür Sehriqani'nin cənablarının təşkilatı, yəni özləri dedilər ki, mən içəridəki, eşikdəki komitə mərkəzliyi danışmalıyam və sizə xəbər verməliyəm. O da 4 ayda cavab verməyibdir, hələ feylən davam gətirir. Əlbəttə, mən tamam soruları da göndərmişəm hamısına. Yəni, onlar ki, deyiblər gəlməyəcək, onlara da göndərmişəm. Həm sorulara, həm iş qurulların, həm də hər gün ki, biz müsahibə aparırıq, dostlarla danışırıq, suallara cavab axtarırıq, onları da göndərirəm. Yəni, cərəyanda olurlar, əgər qulaq assalar ki, nə geçir Azərbaycan siyasi partilər sahəsində, siyasi arenanın, partilər sahəsində, yəni siyasət meydanının, partilər, hizbilər çalışan sahədə nə geçir, ondan xəbərdar olmalıdırlar. Çünki mən göndərirəm. İlla ki, deyərlər, qulaq asmırıq, baxmırıq. O başqa bir şey. Yəni, o mənim günahım deyil. Mənim günahım, işim, vəzifəm budur ki, insanlara deyəm ki, bu cəryan gedir. Bunlar da cavablar, suarılardır, bunlar da cavablardır. Bu filan partinin, bu da filan partinin. Siz də özünüzü ya cavab verərsiniz, ya verməzsiniz. Amma özünüzü belə bir şeyə hazırlamalısınız. Fikirləyin ki, sabahları
Azərbaycanda bir dövlət quruldu. Millət sizi çağıracaq, deyəcək düşüncəniz nədir? Danışqahlara öğrencilər çağıracaqlar, deyəcəklər ağa düşüncən nədir? Sən orada deyə bilməzsən ki, mən şuar verirəm. Yəni şuarla olmaz. Danışçı, ağıllı insanlar şuar istəməzlər. Hə, ola bilər biri məsələn zəif olsun, siyasət dünyası olmasın. İndi deməyim besavat, amma o məsələn 2 dənə şuar versən, hə, haray mən türkəm deyər, tamam da, ya tamam, bu adam çox da bəh danışdı, əcəb yoğun səsi var, əcəb uca boyu var filan. Yox, amma o cür deyil dünya. Dünyada təxəssüs lazımdır, düşüncə lazımdır və biz də vaqiət budur dostlar. Geri qalmış millətlərin içindəyik. Dünyada bəzi millətlər geri qalıblar. Dalıya qalıblar. Güney Azərbaycan və İranda yaşayan türklər də o millətlərdəndir ki, dalıya qaldırıblar. Yəni zorla, icbarla onları geri saxlayıblar. Savadsız, düşüncəsiz, ağılsız, ağlı işlətməyən, ehsasatı, şuarla tuğlanan 2 nəfər gəlsin, tamahkar bir millət o. Kafidir 2 nəfər gəlsin, şuar versin. Biz də o şuarları verən kimi tavlanacağıq. Ay, niyə? Bizim tamahımız var, dilənçi bəzi bir millətuq. Çeviriblər bizi dilənçi millətə. Tohin oğlu hesab edirsiniz, eləyin, hesab eləmirsiniz, eləməyin. Yəni, acı sözləri mən deməliyəm. Acı sözləri deməsəm, dostlar, ayılıb getmərik, yolumuzu dəyişdirmərik. Onun üçün bir dənə fars, bir dənə ingilisli gəlsin, elə o şeyə bənzir də. İngilisli geçmiş gördü ki, Hindistanda. Gördü ki, inək durubdu, millət təzim edir. Getdi, quyruğun qozadı, daldan filan yerini öpdü. Dedilər, niyə belə edirsən? Dedi ki, bu Allahdır, yəni bunu beləsi ibadət eləyəcəksən. İnsanlar bir-birlərini, bax, ingilisli belə eləyəndən sonra biz niyə ingilislərdən dalıya qalmışıq? Biz dostlar, bu mərhələdən keçməliyik. Biz şuardan keçməliyik, düşüncələrə tərəf getməliyik, düşüncələri öyrənməliyik, düşüncələrin yanında olmalıyıq, düşüncə sahiblərinin himayət eləməliyik. Mən bilmirəm, qonağımız təşrif gətirib yox, mən görmürəm, səs elə bir gəlir, amma mən varam xidmətinizə, hörmətin səfər, mən görürəm sizi, amma əgər sizin təsvirini görmürəm. Yox, mən sizi əslən görmürəm. Yəni elə bir şey istəsən gəlməmisiniz. Burada heç hesab görsətin. Bir dəfə mən çıxım təzədən ona bəs. İmkanı olsa lütfən. İmkanı olsa lütfən. Ərz edeyim ki, biz bu vəziyyətdən çıxmalıyıq. Bu vəziyyət içində budur ki, əvvəl biz şuardan iraq durmalıyıq. O günəcə ki, adamlar şuar verə bilərlər, haray mən türkəm, yaşasın asasın Azərbaycan demağına, nə bilim, Azərbaycan səri İranə əst, Azərbaycan elədi, belədi, qəhrəmandı, şəhid pərverdi, qoltuğumuza qarpız verib bizi şişirdələr. O günəcən biz yazıq olacaq. Biz o gün oradan çıxaq. Yəni bizim təhcə yolumuz budur ki, şuardan çıxaq və öz ağlımıza salam aleyküm, aleyküm salam. Salam aleyküm. Necəsiniz, yaxşısınız? Hər vaxtınız xeyir olsun inşallah. Biz sevindim. Görüşdük bir daha. Ömür gəldi, bir də görüşdük. Sağ olun. Söhbətləri kəsmək istəmirdim. Buyurun. Sağ olun, var olun. Yəni biz mən dostlarla danışırdım, orada dedim. İngilistan deyə bilirəm, təhcə ölkədir ki, bir dana müşəxəs ideolojisi yoxdur zahirdə. Amma dünyanın hər yerini istəyibdir, bir iş görə, orada bir ideoloji yaradıbdır. İstəyib Almanda bir iş görsün, bir ideoloji yaradıbdır. İstəyib Rusiyada bir iş görsün, Tezar Rusiyasında bir ideoloji yaradıbdır, oranı qatışdırıb bir-birinə. İstəyib müsəlmanlarda bir iş görsün, bir teori, bir ideoloji yaradıbdır. 44 məmləkədə bölüb Osmanlını. İstəyib də bizdə bir şey yarasın, bir ideoloji yaradıbdır. Bizi üstdən gətirib ayaq altına salıbdır. Moçet kimi, fərş kimi bizi salıb farsların ayağının altına. Yəni o qədər biz bu ideolojilərə inanmışıq. Amma indi İngilistanda nə ideolojisi var? Bir dənə ideoloji var.
İngilistan dünyanın mərkəzi olmalıdır, dünyanın sərvəti İngilistana gəlməlidir. Biz rahat yaşamalıyıq. Dünyada ağıllılar, pullular, sərvətlilər gəlsinlər bizim oğat tamarzı qalsınlar bize, gəlsinlər bura. Hamısı diyor azadlık var ama gelirler orada ne edirlər? Məsələn, hangi azadlıktan faydalanırlar? Hangi azadlıq? Siz getmişsiniz Əlan Can Mərdani, getmişsiniz Suedə məsələn. Ya mən gəlmişəm Kanadaya. Burada hangi azadlıktan danışabilirik? Neden danışabilirik? Biz vətənimizdə bir mübarizə edirdik. Vətənimizin öne getmağına, çalışmasına, ayıqlanmasına çalışırdıq. İndi gələk burada Kanadalılara biz ne deyək? Mesela adamın 4 tane doktorası var. Siyasette 50 ildir siyaset aparır. İngilistanın əlinin altında təlim görüb. Yüzlər, minlər səfə qanunu var. Mən bunların heç birisi bilmirəm. Hətta dilin yaxşı bilmirəm. Mən çıxıb su almağımda müşkülüm var. Harada gedəcəm bunlar siyasi danışam, tarixi danışam, fəlsəfi danışam, ideolojik danışam. Yəni mən bura gəlirəm, bura gələn xəlq silah olur. Belki biraz rahat yaşır. Ondan sonra bir yoktur. Geliri biraz çok olabilir. Ama yoktu ondan sonra hiç zat yoktu. Bizim Avrupa, Amerika bizi getirirler bura. Müfte işliyor. Yani ben mesela burada saat 15 dolara, 16 dolara iş tapsam Allah'a yalvarıram ki Allah iş tapmışam ki necə mesela şey eləyəcəm, ay başı kirayəmi verə biləcəm. Ay başı. Çok çətin. Onun için burada hanım da işdir. Yani mesela vətənimizdə bizim heç olmasa xanımlar işləmirlər. Bir ərim gedib işləyib gətirib mən geçinəcəm. Kanadaya gələndən sonra o xanım ki İranda xanım kimi yaşırdı, o gedib işləməlidir. Gündə 8 saat, 10 saat işləməlidir. Ondan sonra gəlib ev işlərini görməlidirlər bərabər ya tək canına. Kişi də işləməlidir, arvad da işləməlidir. Çünki işləməsələr keçinə bilməyəcək. Hər halda bunları istəmirdim. İstəmirdim ki biz ayılmalıyıq. Biz vətənimizdə düşüncəyə dayanmalıyıq, ağlımıza dayanmalıyıq, millətimizi ideolojilərdən necə restruk çıxırdıq, vətən ideolojisi, millət ideolojisi yaratmalıyıq ki, şey kimi yaşayaq, İngilislər kimi. Dedim, bir ideolojilər zahirdə yoxdur, amma siz geçən 800 ilə bir dana İngilisi tapmazsınız ki, İngilisə, Almana, Fransaya, Rusa, ora, bura casus olar. Bir dana tapılmaz. Çünkü acayip bir millət. Özdə her şeyde biz ters ölçəklər, ters də ölçəkməyə əlaqəmiz var. Yani bizim zehnimizdə bir şey var ki, vaqiyyət deyil. Biz o zehnimizlə istirik yaşayaq dünyanı görək. Dünya belədir. Deyək, dünya ucuz deyil. Yox, dünya fərqlidir. Məsələn, o Kaxın, İngilistanın Kaxının 4000, indi bəlkə 5000'i də aşıbdır, işləyəni var. Və dünyanın en yukarı, Amerikanın reis cumhurun dəstmuz illik gəlirindən çox onun xariməndinin gəliridir. Onlar dünyanın nəqşəsini çəkirlər, hizbiləri yaradırlar, ideolojiləri yaradırlar. Zahirdə də hamı deyir ki, mələkənin orada ya şahın orada heç nəqşi yoxdur. Və o 4500 nəfər, 3000 nəfər, 5000 nəfər orada nəyə işləyirlər? Nəqşi yoxdur, yeri yoxdur dünyada. Onlar nəyə bir belə pulu xərcdir ki, onun məmuli rəvabitimizi, Can Yazdan Mərdani. Mən 2008'de istirdim oraya istihdam olun. Deyirdim bəlkə İngilisim çatar gedərəm istihdam olun falan. İş axtarırdım, rəvabit umum. Deyirdim mənim də təxəssüsüm oldu, adım da vardı, beynəlmiləl caizə almışam. Nə bilim İranda caizə almışam. Özümü yekə bilirdim daha əslində. Mən ya ora baxdım, ora iş tapdım, sonra gördüm ki burada o zaman 2008'de 200 neçə min sterling pul verirdi ildə. İndi fe'len orada döşürler, fikirəm 80.000 alırlar. İngilistan'da fikirəm döşürlerin pulu 80.000'den 100.000 arasındadır. Siz fikirləyin ki, o zaman mesela yadımda dəqiq amarda fikirləyin ki, indi olub 5.000 nəfər oranın xariməndi var. Və onlar mesela ayda neçə milyon sterling oranın şeyidir, budlasıdır. Və adamlar deyirlər ki, bu mələkət siyasətdə şey eləmir, dixalət eləmir. Yəni mən buna inanın, yoksa baxın görün ki, bu mələkə dünyanı, Kanadanın 89% torpaqları mələkənindir, heç kəs dünyada bunu bilmir. Və ona da bir qılıq tutublar Kanada, bunu da oxumuşam, görmüşəm. Onda bu da deyir ki, Kanada deyibdir ki, bu məmləkət torpaqlar mənimdir, idarəsini verirəm məmləkətlərə, məmləkətlər idarə eləsinlər mənim üçün. Deyəndə ki, bu
bu Kanada torpağı mələkənindir. Deyir ki, mələkənindir, amma verib biz idarə edirik. Yəni biz Rəhnə verib. məsələn Rəhm veribdir. əslində vallahi hərdən bir indiki şah olub ha, o hərdən bir gələr Kanadaya gedər bu iyalətə, o iyalətə pul şeyini alar, çıxıb gedər. Yəni o nə mənə ki alacaq verməlidir, ona transfer eləməlidir. Onlar hamısı transfer olar, çıxıb gedər. Yəni Kanada da bunun üstü örtər. Yəni hamı deyir ki, millətdən sorsa deyir yox, mələkə fəqət simvoldur, pulumuzun üstündə əksi var. Biz ona fəqət and içərik ki, ona xiyanət eləməyəcək. Yox, nə mənəsinə xiyanət eləməyəcək? Əgər simvoldur, nə mənəsinə xiyanət eləməyəcəksiniz siz? Necə and içərsiniz? Dəqiqən. Amma biz xeyr, biz dünyada o cür bizə göstərirlər, biz də buna inanırıq. Mütəəssifanə, məmləkətlərimizdə də düşünməz insanlarımız ki, siyasətdə gətiririk başımıza ya da xainlər ki, onlara, dünən dedik, xainlərin, meyarlarının şey eləyək. Mən çalışacağam ki, bugündən o meyarları yazmağa çalışım. Sizlərdən də xahiş edeyim, yazaq, bərabər bir meyar çıxadıq ortaya. Deyək ki, xəyanət bundan ibarət. Xəyanət bundan ibarətdir ki, keçən yüzildə gəliblər, oturublar, bu millətləri qoymayıblar, nəfəs çəkilər. Onların mənafiyi üçün, İngilisin mənafiyi üçün. Hər şeyi çəkiblər ki, İngilistan bəlkə özü hesablayıb, bəlkə bir gün biz Rusla savaşarıq, bəlkə bir gün Osmanlı ilə savaşarıq, bəlkə bir gün Fulanla savaşarıq, bəlkə bir gün Almanla savaşarıq. Biz içəridə bunların imkanatını nə cür eləyək ki, öz bizim nəfimizə tamam olsun. Məsələn, bizim qonşumuz, yəni İranın qonşusu əslində, bu şey çekirik Bəluçistan. Bu Bəluçistan əslində Hindistanın bir parçasıdır, dili də parçasıdır, milləti də parçasıdır. İndi olub Pakistanda, Pakistanda 50 il bundan qabaq Hindistan idi. Biz ora bizi qoymayıblar, ora dəmir yolu çəkilsin ki, birdən məsələn Almanlılar ya Osmanlılar o dəmir yolu ilə gələnlər gedərlər Hindistana. Amma bu tərəfdən Ruslar çəkilsin, tamam biz gedərik ora, ya Ruslar gələrlər dəriyə, bizə gəlmirlər. Niyə? Çünki o Hindistanı qorumalıydı. Hindistan onun torpağıdır. İndi də torpağıdır. Eyni Kanada kimdir? Oranda mən inanıram, onlar da bu şəkildədir. Avustraliya da bu şəkildədir ki, torpaq mələkənindir, insanlar onun üstündə. Biz burada Kanadada subject deyirik özümüzə. Mələkiyə xitab danışanda, indi şaha xitab danışanda, kingə xitab danışanda özümüzə subject deyirik, bərdə. Bizlər sənin bərdəndir. Yəni biz imama, peyğəmbərə, Allaha bərdə deyəndə millət bizə gülür. Amma biz burada ya belə bir siyasət aparırlar. Ağıllı. Onun üçün biz ağıllı olmalıyıq. 4 nəfər gəlib bizə şüar verməklə, nə bilim, filan eləməklə, yaşasın Türk, yaşasın Azərbaycan, Azərbaycan olmasa İran olmaz, Azərbaycanlılar məhdi təməddünlər. Harımdan ki məhdi təməddün, hangi filan? Çox uzun danışdım. Selamun aleyküm, aleyküm selam, xoş gəldiniz. Çox sağ olun, hörmətli İnsaf Əli bəy. Çox gözəl buyurursunuz, çox gözəl buyurursunuz. Və sözünün istiqamətində izninizlə mən də beynimə gələn məsələdir bu İngilisin özəlliklə siyasətlərindən ki, dolayısıyla İranda da özünü göstərir. Hindistanı o zaman işğalından sonra, yəni o bütün zatlardan sonra bu termini dünyanın hər bir yerində də səpələndirdilər. Təbiri pisdir, bəli, vaqiyyəti budur. İstilahən deyirlər ki, əgər sən bir yerdə əsir düşdün, sənə təcavüz oldu və eləyə bilmədin, özündən difa eləyəsən, qurtarasan onu məhməsədən, o təcavüzdən ləzzət tapar. Bir pis bir söhbətdir. Bəli, bu termini müstəmir olan yerlərində yaşatdırdılar. Misal üçün, onu indi Hindistanda bu şəkildən görürük də etiraz eləmə. Ləzzət tapar. Bu dəfə budur, gələn dəfə pullu olacaqsan, gələn dəfə sik olacaqsan o bu zatların içində və bu hər yerdə özünü göstərir. İran özünün içində də göstərir. Misal üçün, seçkilər bəhsinə gəlincək, ya bir çıxılı siyasi azadlıqlar verməklə, ya bu şüarlarla, çünki bu zəhniyyəti deyir ki, sən ki bunu dəyişdirə bilməzsən bütünlüklə, bu çıxılılarla ləzzət apar, bunlarla özünü məşğul elə, bunlarla özünü iqna elə, irza elə, denə böyük bir başarıya uğraşdın və əl çatdın. Sözün qüvvətində, indi məsələn, mən gənə də pezeşkənə gəlib dönürəm, bu bəhs mütəfərriatdır, bəhs, vəli bir dənə şüar vermək ilə millətin bir bölümü vəlvələt ki, baxın, bir şüar verdi. Əmələ baxarlar, şüarla yox ki, şüar deyənlər soxurlar, siz də gözəl böldünüz. Əmələ baxarlar. Azərbaycan səri İranə, o sərin əmələ göstərməsi lazımdır. Bu söhbətləri yox, əmələ inanmalıyıq. Əməl də dəqiqən sözün əvvəldən qulaq asırdım buyurduqlarınıza. Əməl də teorilərdən gələr, bilimdən gələr, savaddan gələr, diyalogdan gələr, danışmaqdan gələr. Elə yoldan keçən biri gəlib, hay salıb, səsin ucaldıb, gür səslə danışmaqla bir
Biz qazanmarıq biz. Qazanmaq olsaydı da onda bu qədər bilimlər lazım deyildi ki. Ölçərdilər, adamları düzəldir, hansının səsi daha ucadır. Buyurun, bismillah, siz geçin qabağa. Və danışıq lazım olmazdı, diyaloq lazım olmazdı. Mübahisə, münazirə, bu cür sual-cavablar lazım olmazdı. Sözdə bu vətəndaşlara bunu sizin deyəm, tamamilə doğru buyurursunuz. Sağ olun. Biz Sağ olun. Valla mən elə cənabınız danışa-danışa zehnimə gəldi ki, İngilistanın müstəmirələrində siz bir dənə silahlı savaş görməzsiniz. Hindistana baxın, Kanadaya baxın, Avustraliyaya baxın, İskotləndə baxın, nə bilim, har yerə baxırsınız, baxın. Afrikaya, Cünubiyə baxın, ora baxın, bura baxın. Siz ölməyi qəbul eləyəcəksiniz. Bir dənə mən hindili ilə danışırdım. Deyirdi ki, Hindistanda 24 milyon yaxın adam öldürüb ingilislər. Yəni 4-dən biri, 3-dən biri. Yəni ki, biz məsələn belə bir qoyun kimi oldu. Bizi qoyun eləyiblər. Necə qoyunu saxlarlar, lazım olanda kəsərlər ya da satarlar. Dəqiqən bizlə o cür rəftar edirlər. Və biz sevinirik ki, qoyunlara, yəni biz ki, qoyunuq ha, bizə yemək verirlər, su verirlər, bərqi gəlibdi kəndimizə, şəhrimizə, maşın da var, burada sürürük, dava da eləyirik, bir-birimizə boynumuzla vururuq, qarnımızı. Dünəndən mən burada upset olmuşam, yəni əfsürdə olmuşam, şey olubdu. Bu sizlə danışandan sonra bir xəbər gəldi. Bir dənə İranlı, Şərifin o dedikləri zehnilərindən biri gəlib burada 2 aydan sonra, 2-3 ildən sonra xanımısını gətirib bura 9 illik evliymişlər. Xanımı götürüb 2 aydan sonra öldürüb, bıçaqlayıbdı. Özünü də sonra öldürüb, ha. Bıçaqlayıb, yığıb çəmədana aparıb qoyubdu xiyabana, gəlib özünü öldürüb. Biz belə bir millət oldu. Yəni, bu gün baxırdım, bir video göndərdilər dostlar. Ciddən ağlamadım, amma ağlasaydım ondan yaxşıydı. Yəni, vəziyyətim o qədər xərab oldu. İmam Hüseynə istəyirlər şey tutsunlar. Biz belə bir millətik. İmam Hüseynə istəyirlər şəbih çıxadalar, insanları ağladalar. O kəftər deyirlər, məsid quşları. Onları yığıblar çadıra od vurublar, quşlar bişirlər odun içində, yanıblar, od tutublar, yanıblar, belə qanaq-qanaq vurur. Millət orada özlərini. Olan quşları niyə öldürürsən? Bu qədər. İndi özü də deyəndə adam deyir, sən mənə nəsihət deyirsən, sən özünü yuxarı yerdən bilirsən. Özünü yuxarı... Ağa, mən yuxarı yerdən görürəm əslən. Mən yuxarı yerdən görürəm ki, sən günü-gündən batırsan batlığa, əlimi uzaldıram, çəkəm əlimi, səni sudan tutacam eşiyə. Bu partilər çalışırlar ki, sən qərq olursan, onu çəkələr eşiyə. Siyasilər çalışırlar ki, səni çəkələr eşiyə. Sən əvvəlcə ki, deyəsən, ağa, məni bunlar üstümə əyaq qoyublar, məni soxurlar, palçığa öldürürlər. Bu da əlin uzaldıb nəcat versin. Əvvəlcə ki, bütün əlimizdən yapışırsan, himayət eləyəsən, gəlirsən, bizimlə savaşırsan ki, qoy məni tapdasınlar, aparsınlar aşağıya. Bir dənə umut var məndə. Məndə umut var, umudla yaşıram. Geçək federalizm bəhsinə, əziz dostum. Bu federalizm bəhsi uzun olacaq. Çünki istiqlaldan dahi şeydə sizin də buna təmayülünüz var. Bununla belə ki, dünən çox danışdıq bu məsələni, amma federalizm o şeylərdən ki, danışmalıdır. Yəni, danışdıq. Dünən iqtisadın, istiqlalın içində danışdıq və İranın içində danışdıq. Amma özü müstəqil bir bəhs olaraq ki, çünki bu federalizm, biz bəzi məsələn bir zaviyədən baxırıq da, mənşur deyirlər ha, o neçə tərəfdən baxmaq olar. Məsələn, mən çalışıram bəzi suallara 50 tərəfdən baxaq. Yəni, həman sualı bir ayrı tərəfə çevirək, oradan baxaq. Elə həman sualdır. Yəni, əslində elə deyirik, İran nədir? Məsələn, azadlıqda İran nədir? Demokrasiyada İran nədir? Hüquqda İran nədir? Məsələn, insanlıqda İran nədir? Bunları, amma hərəsində bir mənası tapır. Yəni, o açıdan baxmalıyıq. İndi, federalizmi siz parti olaraq, mən bu gündən islah elədim, dünəndən sizin adınızı Azoh yazdım, şey yazmadım, öğrenci hərəkatı yazmadım. Bu gün də indi elə burada yazacağım siz sual cavab verəndə. Federalizmi Azoh olaraq necə tərif edirsiniz? Mən genə də təkrar üzr istəyəcəyim yoldaşlardan, əgər bu söhbətlərin bəziləri təkrarlamaq kimi olmuş olar. Çünki dünən də
bu qonularda söhbət elədik və mən bəzi qonuları ərz elədim yoldaşların xidmətinə. Federalizmə gəlincək, çox sadə tərif versək biləsinə, yeki az şivəhay idari hükümət vasitəsi ya dövləti bir hökuməti idarə etmək, bir ölkəni idarə etməyin şivələrindən birisidir ki, federalizm adlandırılır. Amma bu federalizmin özünə görə çox fərqli modelləri ola bilər. İsveç modeli ola bilər, Belçik modeli ola bilər, Fransa modeli ola bilər. Kanada. Yəni hər bir model baxmaq ola bilər. Ən kiçik ixtiyaratdan veriləcək ta ən yuxarı səviyyəyə qədər ixtiyaratın verilməsi. Bəzi modellərdə əyalətlər eyni eşit daşıyırlar hüquq açısından, bəzi ölkələrdə eyni deyirlər. İspaniya kimi ya Amerikanın özünə kimi bəzi əyalətlərin çox yüksək dərəcədə qabiliyyətləri olur, ixtiyaratları olur. Amma hər halətdə yəni federalizm budur. Bir ölkənin içində biz sentralistə baxmırıq, mərkəzgərayana baxmırıq ki, bir dənə hökuməti vahid var mərkəzdə ki, bu təsmin tutur. Bütün ərkan və əczai dövlətin və hökumətin bütün sərzəminin ölkənin hər bir yerində. Bəlkə bunu bölür, təqsim edir. Amma yenə də bir mərkəzi hökuməti olur və bu qüdrətin tənfiz edir məhəlli dövlətlərə. Bu olur bir federalizmin balaca bir tərif. Gözəl. Sizin özünüzün tərifiniz budur, yoxsa yəni inandığınız tərif, o federalizm ki, siz inanırsınız? İnandığımıza gəldiyimizdə, xüsusən ərz elədim xidmətçi, o federalizm ki, biz inanırıq, mübtəni bər haqqı təyin sərnişdir. Yəni, idarəçiliyinə gəldiyimizdə o federalizm ki, bir hökumət mərkəzisi var. Amma bu hökumət mərkəzinin özündə də tamamilə o millətlər. Çünki İran bir ölkədir ki, onun federalizmi müsəlləmən görə etnik bir federalizm olur. Əraqda bizim federalizmimiz var, amma özünə görə özəl bir federalizm yaradıb. Yəni, həm din bölümündən ayrımcılığı vardı, Şiə-Sünni, Kürd. Özünə uyğun bir zat seçdiribdir. Çünki orada o ayrımcılıq daha özünün dindədir, məzhəbdə də yəni göstərilir. Bəli, bizdə daha çox etnik üstünlüyü, etnik problemimiz gözə çarpır. Düzdür, Şiə-Sünniliklər var, bəli, o qədər gözə çarpmaz. Əgər biz etnik məsələsini həll edəsək. Çünki ərəblər sünnüdür, kürdlər sünnüdür, bəlüslər sünnüdür. Yəni etnik müstəqim bağlılığı var. Türklərdə bəli, bizim də sünnilərimiz var, bəli, çoxunluğa sağlamdır. Dolayısıyla etnik əsasından qurulmuş bir federalizmi gələk olmuş olar. Pəs o mərkəzi hökumətdə də hər bir etnikin ya hər bir millətin nümayəndələri biz də onların sayısından asılı olaraq sayılarına baxdığımızda onlara mütənasib olaraq mərkəzi hökumətdə olmalıdır. Ayrıca hər coğrafiyanın özünə məhəlli dövlət olmalıdır. İndi bunların hansı səviyyədə güc və potansiyelləri ola bilər, onlar da artışa biləcək məqamlardır. Getdikcə daha o zamana yaxınlaşdıqca bura ortaya çıxa bilər. Məclis müəssisəsindən yaranmaq bəhsi gələ bilər filan. Bəli, kulli haləti ümumiyyətdə bəli, bizim inandığımız budur. Bəli, bunun ən pişfərzlərinə, yəni şərtə lazım və kafisi bu mərkəzi hökumətin kənarda olan millətlərin məhəlli dövlətlərinə istiqlal haqqının qail olmasıdır. Yəni bu şərt və bu pişfərz və bu pişşərt olunmazsa heç halətdə biz o federalizmi qəbul etmirik. Düzdür, mərkəzi hakimiyyətin xaşiyyət millətlərə istiqlal şərtinin verməsidir, yoxsa qəbul etməsidir. Yəni o haqqı təyin sərnişdən yaranan ki, bir bölümü də istiqlal şivəsi ilə özünü göstərir, haqqı istiqlaldır. Mərkəzi hökumət onu o millətlərə qəbul etdirilməlidir. O mərkəzi hökumət kimdir? Yəni indi belə deyəndə nəzərə gəlir ki, farslar o mərkəzi hökumət olacaqlar. O mərkəzi hökumət bir hökumətdir, bir dövlətdir, dövlətin mərkəzi. Bayaq ərz elədim ki, millətlərin nümayəndələri orada təşkil verir və biz də hər millətin sayısından asılı olaraq nümayəndəsinin sayı təyin edir. Misal üçün Azərbaycan deyək 40 milyon nəfərdir, 40 milyona mütənasib orada rəy vermək payı olmalıdır. Ərəblər misal üçün 7 milyon nəfər, 7 milyon. Yəni bir model elektoral deməyək Amerikaya. Bəli, bu şivədə bir rəy vermək haqqı verilməlidir mərkəzi. Yox, farsların da indi cəmiyyətin asılı olaraq orada bir payları, bir səhmləri olar. Bu mərkəzi dövlət ki, bu icmadır, bu haqqı verməlidir. Misal üçün Azərbaycan dövlətinə, Azərbaycanın məhəlli dövlətinə ki, istədiyi və referendum istiqlalını qoysun, səs çoxunluğunu sağlasa da haqqı olsun ki, çıxar. Misal üçün İskotland kimi, nə İspaniyada olan Baskiya Katalanlar kimi. Modeli İskotland'ı biz misal üçün pişnahət veririk. Mərkəzi dövlətdən qəsdim buydu. İranda federalizm ola bilərmi?
dünən söhbətlərin istiqamətində, yəni çox zəif görünən bir ehtimal. Çünki yəni dünən ərz elədim xidmətçilərə, bu federalizmin iki başı var. Bir baş, yəni do tərəfə təvafuq, do tərəfədir. İstiqlal təvafuq yek tərəfə də ola bilər. Sən millətin deyirəm, mən istəyirəm istiqlalımı alam. Savaşırsan, qarşında olan ya sənə dostsa, Çekoslovak kimi ayrılır, ya da Kruvası kimi vurursunuz, bu çatdasını düşür. Amma bir tərəfi işin qabağa apıra bilərsən. Bəli, federalizm təvafuq do tərəfədir. İranda təvafuq 7 nəfərə olur. Yəni bütün millətləri biz qəsd etsək, bütün millətlər hamısı gələ eyni şəraiti qəbul edələr ki, İranda federalizm yaranar. Və bu teknik açısından çox çətin bir məsələdir. Teoridə rahatdır. Biz deyirik, bu qanun əsasimizdir, bu millətlərin nümayəndəsidir, qəbul edir. Amma dediyimizdə gələ diqqət alaq. Bəluçun özünə görə bəzi qırmızı xəttləri var. Ərəbin varıdır, bizim varımızdır. Şayad Farsın olar, şayad Kürdün olar, şayad Türkmənin olar. O zaman hətta bir ayrı ola bilər. Bəhs aradan, Lorenli millətdir, deyil, o gəlsin burada, payı olsun, olmasın, Talış nə deyir, Şumallarda Ciləşlər nə deyir, Mazənlər nə deyir. O qədər PCDci vardı İran içində, o qədər müzahişidir. Əmələn, dünən də danışdıq. Savaşın əlverişliliyi gerçəkdən federalizmdən daha çox görünür. Ən azı bizdə. Məhal deyil, bəli, məhal kimi görünən bir məqamdır. Sizin istədiyiniz federalizmin müşəxxəsələri nələrdir? Toxunulduğu kimi, yəni bu federalizmdə bütün məhəlli dövlətlər istiqlal həddinə qədər gücləri olmalıdır. Təbii, bir Bedebestan kimi ola bilər. Dünən xatırımda olsa bir misallarını da ərz elədim yoldaşların qulluğuna. Misal olaraq atıram, dəqiq rəqəm deyil, fərz olsun deyə. Azərbaycan istiqlal halında bütün öz yeraltı qaynaqları 10-cu sayılmalıdır. Amma federalizm hakimiyyəti varsa bir ortada, mən bir Bedebestana keçirəm. Misal üçün deyirəm, mənim 20%-ıma gəl mərkəz hökuməti sən al, istədiyin o biri dövlətlərə ver, mənə də ərəblərin nəftindən amma bir pay verməlisən. Yəni bir Bedebestan hökuməti də olursa, bir zat verirsən, bir zat alırsan. İndi bunların hansı səviyyədə olmasını da hansı səviyyədə olmasını da yenə o məhəlli dövlət təyin edəcəkdir. O məhəlli dövləti kim seçir? Orada yaşayan millət seçir. Dolayısıyla bir məhəlli dövlətimiz var. Dedim, bu keyfiyyətinə təbii soralar danışılmaq gərəkir. İndi biz keyfiyyətindən danışa bilərək mən beynimdə olan ideallarım. Misal üçün, bizim ideal beynimizdə olan federalizmdə həttən gəl məhəlli dövlətin ərteşi olur. Bəli, bu ərteşi biz düşündüyümüzdə, bəzi millətlərə biz ərteş qail olduğumuzda ola bilər fərqli sorunlar yaşayaq. Onun üçün bizim önərdiyimiz federalizm həmqun federalizm deyil. Bəzi millətlərə, bəzi qonularda daha üstünlük sağlayırıq və bilirik də ki, bu qəbul olunmayacaq təbii o millətlər tərəfindən. Yəni, mən gələm deyəm, Azərbaycanın ərteşi olmalıdır, amma qonşumuzda olan, misal üçün Kürdlərin ərteşi olmağının haqqını biz qəbul etmirik. İndidən sorun yaranacaq. Bəli, bizim inandıqlarımız budur. İndidən deyil, üçün zamanı gərək danışırlar. Zamanında da danışıldığı gənə də sərxət təkrar eləyir. Sanmırıq bir nəticə və sonuca vara bilsin valiyyət. Mən burada Kanadada yaşıram. Kanadanın federalizminə çox azcaq. Yəni, yaxşı, məsələn, 100 olsa, mən 20% tanışam. Yəni, savadlı özümü saymıram Kanada federalizmi haqqında. Amma, məsələn, əxbardan eşitdiyim qədər də belədir. Məsələn, Alberta deyə bir məmləkət var. Kanadanın bilirsiniz, 12 məmləkət var içində, 2 dənə də territori var. Yəni, bu territorilər bir coğrafiyayı bir yerdir. Özlərinin adı var. Özlərinin içində 100.000 nəfər adamı var. Amma məsələn, torpağı İrandan çox keçədir. İran adlanan yerdən çox keçədir. Hərəsinin torpağı. Məsələn, Kanada istəyir ki, onları özünə qatsın. Onlar 2 dənədir. Onlar da, məsələn, mən 2005-dən gəlmişəm, elə onlar hələ feylə azmayışı orada durublar. Kanadadan bizə nə gəlir, bizə faydası var. Yox, əcəli ilə deyil. Baxın, mən hələ 2005-də gələndə bu yəni var idi da. Bunlar orada idilər. Biz rəsmən gəldik, burada mədrəsədə oxuduq ki, 2 territorimiz var, 12 dənə də dövlət şeyimiz vardı, ustanımız vardı. Elə hələ də o cür, yəni territoridir. Hələ senin ustan olmayıblar. Yəni məmləkətə çevirir, Kanadaya yapışmayıblar rəsmi olaraq. Siyasi, hüquqi, hər cəhətdən. Ərz edeyim ki, burada bir məmləkətin nəfti var. Alberta adında bir məmləkət var. Çox da qışda soyuq olur, buzluq olur, qarı 2 metr, 3 metr qarı olur. Orada nəft var.
Məsələn, British Columbia-da yoxdur, bizim əyalət heç birisində yoxdur. Yəni o birisi 12 ilində heç birisində nəfi yoxdur. Qaz yoxdur, fəqət orada var. O istir məsələn Çinə nəft satsın ya dünyanın ayrı yerlərinə nəft satsın. Bizə də satır. Bizə də eyni qiymətə satır ki, Amerikaya satır, Çinə satır, hər yerə satır. O qiymətə ilə bizə də satır. Yəni yap belə dibindəki qonşu dövlətə də o qiymətdə satır. İndi bu istir lülə çəkə, lülə ilə bu borularla apara British Columbia-dan okyanusdan bura gəmilərə göndərə Çinə, o üzümüzə. Bazarını genişdirə. Mən bildiyim 2014-dən bunlar danışırlar ki, British Columbia razı olsun ki, bu getirsin. Deyir, yox, məsələn, mən yadıma gələn, indi yadımda dəqiq deyil, ha? Amma fikir edin ki, British Columbia deyir, 30% nəflinizin pulun mənə verəcəksiniz, 30%-ın ki, mən buradan lülələri torpağımdan geçsin. Çünki sən mənim torpağımdan mənfəət aparırsın, buradan geçməsən mənfəəti qazana bilməyəcəksən. Sən istəyirsən qazanasan, %30 ver mənə. İstəmirsən qazanasan, mən də qoymuram torpağımdan geçsin, bu da getdi. Hətta dünən bəhs edirdik. Burada bir seri casuslar tutdular. Herifi casuslar. Ontario'nun casusları getmişdilər. Məsələn, o birisi eyalətin futbol timi, burada sakır deyirlər, futbol demirlər. O sakır timinin içində casuslıq edirdilər. Onları tutdular ki, bu qədər casusluq eyalətlərin içində var. Yəni mən nə qədər başarsam pul qazanam ya udam. O birisi yəni rəqabət çox şədiddir, çox şədiddir. Hətta bu rəqabətlər kəndlərlə şəhərlərin arasında çox ağır rəqabətlər. Ağır. Yəni məsələn, gedirsən, əlbəttə heç yer kəndə bənzəmir. Məsələn, bizim kəndlərimizə baxanda bunlar çox modern şəhərdirlər. Amma yəni belə bir şey davam tapır. Yəni istəyirəm bunu deyəm ki, siz belə baxanda mən görürəm ki, federalizm çox bundan uzaqdır, çox uzaqdır. Əcəba məsələn siz olan yerdə federalizm siz dediniz kimidir? İsveçin federalizmi mi? Bəli. Yox. Yəni oradan o şivədən çox uzaqdır. Buranın federalizmi özünə görə məhəlli hökumətləri var və ixtiyaratı o qədər deyil. Yəni çox orta demək ola bilər. O qədər də bağlılığı yoxdur və nisbətən orta sayıla bilər. O qədər də bəzi eyalətlərin misal üçün o qədər üstünlüyü yoxdur ki, izin verələr ya izin vermir. Mərkəzi hökumətin özünə görə bir güc zadı var, güc əhrumları var ki, burada kullansın. Və bizimlə pişnahad elədiyimiz yenə bayaq söhbətlərimi qayıdır, hörmətli Səfər bəy. Bəzi yol söhbətlərdə də görürsünüz, hala ayrı medialarda falanlarda da özəlliklə bu farslarla bir söhbət edən, bəhs müzakirə olanda elə bunu deyərlər. Deyərlər, sizin məsələn nə mənadır? Bərnamənizi söhbət eləyin, deyin, filan eləyin. Bəzən bəhsə elə yer aparırlar ki, intizar olunur ki, eləmirsən. Mən gələk deyəm, Təbrizdə, Abırsanın böyründə bir küçə var, oranın asfaltının neçə santı olacaqdır, qırı nərsət olacaq. Bunlar vaxtı və zamanındadır. Çox gözəl bu mübahisələr açılır. Yəni federalizmdən hər təşkilatın bir baxış açısı ortaya qoyulur. Əslən qəbul edirmi, etmirmi, məhal bilirmi, ola biləcəyini düşünürdü. Yaxud hansı səviyyəyə qədər qəbul etdiyini də ortaya qoyur ki, mən də ərz elədim xidmətçi hansı səviyyə. Və elə bu indi əməldə nə qədər yaşada biləsin, yenə də bağlı var o zamana ölkə içində olan o məhəlli dövlətlərin bir-birinə əlaqə və rabitə əslində. Gözəl. Federalizm İranda onu cavab verdik əslində. İranda özlərinin üstün görən və qüdrəti əldə tutan farslar və farsçılıq federalizmə necə yanaşır? Federalizmi danışması üçün hörmətli Səfəli bəy, əlbəttə bu bəhslər çox gözəl bir şivə istifadə edir İran hakimiyyəti və ayrıca elə Fars opozisiyonu və Fars toplumu. Opozisyonun həm daxilisi var, həm xaricisi. Bəli. Bu daxili antropi, yəni bu binəzmi daxili çoxaldığı halda bunlar gəlirlər, bu qapağı götürürlər bir çıxır. Yəni o qədim züppəzlər var idi, atırdı buxarı. Bu antropini rəsəd edirlər, bu binəzmini rəsəd edirlər. Görək, Katureydi filan da okey. Və əgər bir istiqamətə çevrilirsə, meyanatis vurub bilələrin həmsu edirsə, o zaman gəlirlər bəzi bəhsləri atırlar ortaya. Və sirfən atırlar ki, o həyəcan ümumi azalır. Yəni federalizm qonusu Haşimi vaxtında da dolayısıyla tərh olunubdur. Gəlib Xatəmi zamanında da tərh olunubdur, ləfzi olaraq. Musavi Kərrubi zamanında da tərh olubdur. Ruhani vaxtında da Benoy tərh oldu, hətta Musa Nizai 88-ci federalizm iqtisadını dedi, təzdən olduğu 92-də də təzdən daha şiddətlə dedi. Bunlar ləfzən deyilir,
ki fəqət o həyəcan ümumi azalsın. Heç bir arxasında olan bir çözüm vaqe, çözüm yolu yoxdur içində. Farsların içində də var. Bu bəhsə oxşar da çox var. Azərisən, türksən. Sinusi hey gəlir gedir. Ya və buna bənzər zətlər. Vaqei etiqad federalizmin bəhsinə pişfərzlərindən birisi budur ki, sən federalizm qərar da əgər icra olunan o məmləkətdə, sən təqid olmalısan ki, haşiyə məzlum vaqe olub vaqeən mərkəzin əli ilə. Yəni sən birincisi buradan qəbul etməlisən ki, mərkəzdə tamam sərvətlərin çoxusu yerləşdirilir, haşiyə sistematik şəkildə zülmə məruz qalır. Bəli, siz bütün Fars roşənfişlərinə baxsaz, bu sistematik olduğunu qəbul etmirlər. Deyirlər, xeyr, filan dövləti idi, o dövlət ərəbləri orada ac saxladı, ya Azərbaycana haqlarını vermədi. Bu dövlət getsə, o biri dövlət məsəl islahat gəlsə düzələr. Ya Pəhləvi gəlsə düzələr. Bunun sistematik olduğunu qəbul etmirlər. Çünki sistematik olduğunu qəbul etsələr, zulm-i milliyə gələr, izanları olar, qəbul edilər. Zulm-i millini qəbul etsələr, onda bəs etiqadları olmalıdır, buna ki, İran kəsirul millədir. Kəsirul millələrini qəbul etsələr, onda ki, etiqadları olar ki, pəs bu millət dolayısıyla haqq istiqlalı da əlində olsun. Çünki onu oradan qəbul etmək istəmirlər, bu bəri başdan istəmirlər, iqtisadı qəbul etsinlər. Və qəbul etmirlər. Onun üçün bunlar ola bilər zamanı gələ əsas federalizmdə danışarlar. Və o danışdıqların heç bir poşvarəsi yoxdur. Hələ mən dedim o danışdığı vaxtlar. İndiyə baxdığımızda, hörmətli Səfəri bəy, biz hələ bu bəhslər ki, məsələn, İranda etniklərə hələ onların dili ilə, əqvam əslən onların dili ilə, əqvama zülm olur ya yox. Məsələn, bunu vaxtı qəbul etmirlər, da bu çözüm yoluna hələ biz gedib çata bilməyəcək. Çünki zülmün özünü qəbul etmirlər. Yəni, onlar qəbul etmirlər ki, Türkiyə Türk olduğu üçün zülm olunur. Çünki əslən, onlar hətta ayrı etibarla desəm, Türkün varlığını belə qəbul etmirlər. Hələ biz mərhələdəyək gözümüzü azərlikdən Türkçə. Yəni, o qədər belə bu kəlafi sərdarqın kimin bir-birinə ilişibdir ki, bunu haradan siz deşsəz də sonuca varmayacaq. Xeyr, hörmətli Səfəri bəy. Bunlar federalizm ərvəsən bizim varlığımızı qəbul etmirlər ki, bizlərə federalizm istəyirlər belədir. Gözəl. Farsçılıq cürbəcür qanadlarının düşüncələri federalizmdə nədir? Yəni, məsələn, şahçılar var, eşikdə milli məzhəblər var, nə bilim, islah tələblər var, mühafizəkarlar var, mücahidlər var, tudələr var, komünistlər var, nə bilim, hizbi bu tür, yəni, müxtəlif açıdan baxanda onların açısından onlar necə görürlər? Yəni, düşüncə sahiblər, siyasi varlıqlar, qurumlar, qurğular necə görürlər? Mən baxdığım qədər, əgər səhv etməmiş olsam, yadımda qaldığım qədər heç bir siyasi təşkilat mən görməmişəm. Şayət də mən yanlış bilirəm, Fars opozisiyona bağlı olaraq ki, federalizmi öz tərəflərində yerləşdirmiş olsun. Bəlkə mən qaçıtmışam gözümdən, bəli, mən gözümə dəyməyib. Lap mütərəqqilərindən birisi mücahidlərdir ki, bir oxud muxtarca filan zadı verirlər, amma dillərində gəlmiş bizlərə türk milləti demiş olarlar. Yəni, hələ biz o mərhələdən keçməmişik, desələr də Kürdə filan azada bir oxud muxtariyyəti deyirlər. Federalizm bunların heç bir yerlərində, heç bir bərnamələrində yerləri yoxdur, hörmətli Səfəri bəy. Biz dünəndə danışdıq. Bunların çə daxili opozisyon olsun, çə xarici opozisyon olsun, hansı ad altında çalışmalarına baxmayaraq, özlərinə demokrat, cumhurixah, laik, sekular, fərəşgərd, hər nə qoyurlar qoysunlar, fərq etmir. Bunlar zülm-i millini qəbul etmirlər. Vaxtı qəbul etmirlər, federalizmin nəyindən danışacaqlar? Nəhayət qəşəng danışa biləcəkləri olacaq federalizm iqtisadi ki, Möhsün Rızai düşünür verir. Məsələn, Möhsün Rızai ya Xatəmi ya Rəfsanjani ki, bir növ federalizmdən danışdılar. Bir yarım səhvə bir şey var ki, biz bilək onlar nə deyirlər, yoxsa bir kəlmədir ki, bilmirik. Heç də yoxdur, dəqiqən, heç də yoxdur. Bunların lap müdəvvən şəklində paylaşdığı elə həmin Möhsün Rızainin danışıqlarıdır. Əlbəttə bir paylaşmaları da olubdur. Yəni yazılı formatda səhv etməsəm 8-də bir dəfə paylaşıb, səhv etməsəm 92-də də. Və onun pişnahət verdiyi iqtisadi federalizmdir ki, o iqtisadi federalizmin üçün əslən dayanıqlığı yoxdur etnik fərqliliğinə, bir çözüm yolu da kimi sayıla bilməz. Yəni, sanki mən atıram da, elə bir, Tehranda bu boya sərmayə çox qoymuşuq. Niyə Tehranda olsun? Birazını da qoyaq Kərəcə qoyaq. Biraz da qoyaq, məsələn, Vəraminə. Yəni, köksüz bir federalizm. Sırfən mən sözü deyim,
ki bu adı dediyimdən sonra mən rəy qazana biləm. Mən federalizm dedim ha. Bir də bir alternativ kimin olsun? Misal üçün o etnikə dayalı olan federalizmlərin qabağında. Yox, hörmətli Səfəri bəy. Mən şəxsən deyirəm, lap şədidül-ləhətərin halətində 88-də idi, Kərrubi tərəfindən, Kərbasi tərəfindən federalizmin qanun əsasında yerləşdirilməsi deyildi. Amma elə onların da etiqadın elə biz 25 xurdad, 24 xurdaddan sonrasında gördük ki, enqar nə enqar əslində belə bir söz deyilmələr var idi ortada. Yox, burada etiqad yoxdur. Əmir bəy, məşrutə islahatından mən buna inqilab deyirlər. Ona görə bu kəlməni işlətmirəm. Mən şəxsən inqilabla bu kəlməni işlətmək üçün müxalif olduğum üçün belə gətirirəm. Siz eləyə bilərsiniz, inqilab buyurasınız. Məşrutə islahatından və reformundan bu günədək farslar tüm yazılı və sözlü müqavilələri millətlər arasında ya əqvam arasında onların demişkən ayaqları altına almışlar. Əcəba farsların hətta əgər desələr, dildə gəldilər, dedilər, yazdadır dedilər. Buna etimad eləmək olarmı? Sözləş olmaz, hörmətli Səfəri bəy. Ola bilər, yəni zaman gələcək deyərlər. Əgər şah bir zamanda gəldi, dedi, mən Səda-i İnqilab millət şinidəm, ya Xameneyi 44 ildən sonra məcbur oldu, gələ etiraf eləyə deyə bu dəfəki elə bir səs verənlərin səsi az imiş, ha, indi hər səbəbdən asılı olaraq. Bunlar istər-istəməz eşidəcəklər millətin səsini, eşidirlər, dillərinə gətirəcəklər. Və o dillərinə gətirmək, məsələni anladım, mən çox müslih, ictimaiyəm, gəlin haqqınızı vermək anlamında deyil ki, o məsələni eşitməmiş birisi deyil ki, gəlsin, deyək ki, mən indi eşitdim, vallah, təzə eşitmişəm, gəlin sizin haqqınızı verəcək. O zaten bilərəkdən zülmə məruz qoyur. O zaman gəlib dildə deyəcək, haqqınızı da verirəm. Elə bir qoyursuz farslar, fars opozisiyonu, bəli sən federalizmi də verəcək. Bunun zimanəti icraisi lazımdır. Zimanəti icraya gəlincə, o zaman zamanında təbii ki, insan fərqli şəkillərdə danışdıra bilər, amma elə deyil. Misal üçün, Pezeşkanın öz bu kabinə təyin etməsində. Ondan qabaq söz vermişdi, bəli, hamı lahaz eləyəcəyəm, amma intixab karquruhlara baxdığımızda heç kəs yoxdur bu statlarından, millətlərə bağlılığından. Özəlliklə Azərbaycan millətinin, Türk millətindən o karquruhlarda bir nəfər olmadı. Bunlar zimanət icra edir. Yəni, siz zimanəti öncədən alırsınız, tərif edirsiniz. Əgər bir dövlət qurulacaqsa, bu dövlətdə bu şərtlər qeyd olunmalıdır. Pişfərz olaraq atıram beynimə gələr. Misal üçün, indiki qərarda biz federalizmə gedək. Hər bir söhbətdən öncə ərteşin, misal üçün, Azərbaycanda olan bölümünün atıram. 4-dən biri biz istədiyimiz payqahlarda, padqanlarda olmalıdır. Ya silahlarının bir bölümü bizim milli fərqlarımıza təhvil veriləcək zimanət olaraq. Biz istifadə etməyəcək. Yəni, belə pişfərzlərlə siz rast yazmayı eləyə bilərsiniz qarşınızda olanın. Nə qədər gərsəkdən sözü eşidib, ya eşitməyib. Vəli vaqiyyətdə gəlirik, yetişirik. Əgər mənim öz şəxsi düşüncəm istəsəz, bir millət ki, 100 il zülm eləyib və bu qədər alışıb zülm eləməyə, çox çətindir ki, bu zülm etməyindən, o daddan əl çəksin vaqiyyət. Gənə də biz dünən danışdıq. Türklər şahlıqları var idi, şah sisteminin özünə görə zülmə məruz qoyması var, rəiyyəti var, şahı var. Bu başqa məsələ. O çağları gələ bir o zamanlara gedib biz diqqət alaq. Vəli genəldə baxdığımızda türklər zalim olmadılar qeyri-türklərə. Dedilər, haqlarınızı qoruyarıq. Şahım, tabiyim olun, xəracın verin. Vəli kimliklərindən asılı olaraq onlara zülm etmədilər. Və sırf onun üstündə padişahlıqları əldən verdilər. Çünki düşündülər, hamı onlara taydır. Birisi ki, bizə tay deyil, ittifaqən öyrənibdir özündən sonra hamıya zülm etməyə. Onu mən eləyə bilmərəm, inanam, şəxs olaraq ki, 5 günün içində, 1 ayın içində yatıb, ya gedib Həzrəti Musa kimi dağlarda irfana çatıb gəlsin mənə, bir pay gəlsin. Mən şəxsən inanmaram, farslardan dillərində desələr də, şəhət aşırı kimi görünür, mən inanmaram vaqiyyət. Mən inanmaram, məgər ki, təzminlər o qədər güclü olar ki, mən deyəm ki, olsun, yola çıxaq. Hətta biz məşrutə hərəkatına baxanda, ya firqə demokrat hərəkatına baxanda silahlı yox. Amma görürük ki, çağırırlar Tehrana. Biz də sadəcə sadəliyimizdən, məsələn, Səttarxana ad veriblər, Sərdar Milli, qoltuğumuza qarpız veriblər, 50 kiloluq. Səttarxanın zoru çatmır bunu götürə, insafən zoru çatmır. O qədər ağırdır ki, Təbrizə qeydənmir. Vaqif xan da oturur.
Qalırlar Tehranda. 2 aydan sonra hamısı bağlılar Jüliyə. Çünki o dövləti cildərlər. Dövləti kimə verirlər? Dövləti lorlar, o şeylər və ermənilər arasında bölürlər. Azərbaycana hesab qalmır. Pişəvərinin də eyni o cürsü çağırırlar Tehrana, qoltuğuna qarpız verirlər. Hə, siz dövlətdə qalacaqsınız, sizin maliyyatınız qalacaqdır filan bəhman. Tətbiq yazırlar, imzalırlar, möhür basırlar, gəlir tərbisə cırır. O pişəvəri yox ha. Şah gəlir tərbisə onu cırır, deyir ki, kənləm yakon yox kimidir. Qəbul eləmir. Yəni bunu istəyirəm deyəm ki, yəni bizim belə bir zehniyyətimiz var. Mən deyirdim ki, bu tək bizim zehniyyətimizdir. Bu son zamanlarda Bəluçları da mütaliə edirəm. Bəluçlar da eyni bizə taydır. Yəni bizim yap belə başına yaxşı oyun gələn Kürdlərlə şeylərdir, ərəblərdir. Ərəblərin liderini gətiriblər zindana, zindanda öldürüblər, adamlarını öldürməyiblər. Kürdlərin için də bilirsiniz ki, bir ayrı formatda adam öldürməyiblər. Amma biz o cür deyil, Türkçəmənlər o cür deyil. Bəluçlar o cür deyil. Yəni çox ciddi qətliamlar gedibdir. İstəyirəm deyəm ki, yəni acaba inana bilərmi? Yox. Hətta əgər məsələn dedilər ki, tamam, ordunun Təbrizin Azərbaycanda olan ordular məsələn 50.000 nəfər var, bunun 25 nəfər sizin ixtiyarınızda olsun. Padğanları, silahları, hər şeylər sizin ixtiyarınızda olsun, sizin əmrinizdə olsun. 25.000 nəfər məsələn sabahlar getdilər yavaş-yavaş o buranı, buranı hər 1000 dana adından alırlar, bizi də qəbul elətdirərlər. Hə, əmniyyətimizə lazımdır, birliyimizə lazımdır, mənafeyimizə lazımdır. Biz də sadə adamlar qəbul edərik, furi qəbul edərik. Çünki bizim siyasimiz pişəvəridir ki, qəbul edilir yəni. Təcrübəsi ola. Bizim təcrübəmiz yoxdur ki. Onun bir də pişəvərinin o Gilanda təcrübəsi var idi, dövlətçilik təcrübəsi var idi. Bizim heç birimizin dövlətçilik təcrübəmiz yoxdur. Bizim başımızı 4 dana sözüyle toğlarlar, gedərik. Siz bir kez mesela ordunun yarısını versələr Azərbaycana, 3 aydan sonra, 3 ildən sonra, 30 ildən sonra gəlib onu vurub aradan apara bilməzlər. Mən izninizlə bu bölümün deyim yox, aparmazlar. Mən özəlliklə yeni nəslə güvənirəm. Gerçəkdən deyirəm, özəlliklə yeni nəslə güvənirəm. Gördüklərim də var, demirəm yeni nəslə aldanma yoxdur. Misal üçün Pezeşkanda biz bütün nəslərimizdə olan sözə inanmalar. Mən çıxıram, bəzi Pezeşkanın bəzi rəy verənləri, səs verənləri var, saygı ilə yanaşıram. Yanlış təhlillərinin olduğuna inanıram, bəli, o yanlış təhlillərində də buna görmüşəm ki, deyirlər ki, biz sözlərinə yox, bəlkə düşünürük bu çıxsın üstə istikak yaransın, hakimiyyət içində savaşsa, oradan bir şey bizə çıxsın bizə. Bəli, sözə inananlar oldu bu dəfəlik. Elə sırfən sözə inananlar, ya şuarlara inananlar. Və mən sizə buna əminlik verirəm, Mətin Səfərli bəy. Keçmiş sağ deyil. Gerçəkdən, hətta elə bizim yaşlarımız da ərz eləyəm. Elə baxın, sizin özünüz bunları demək, bunlar bir növ vaksinasyondur. Yəni, vaxtı bir insan bunları deyir ki, biz sadə idik. Dolayısıyla bəs bu bilib, zəfi bilibdir. Vaxtı zəfi bilib, gələcək olan olaylarda bir növ özünü vaksinə eləyə bilibdir. Yəni, məlumdur ki, bu tərəfdə bu qorxu var. Olmayacağını anlanan. Vaxtı bu ictimada, bu zehniyyət ümumi yarandı ki, biz müsaidik aldanmağa, da onda aldanmaq. Necə ki, bu 88-dən sonradakı olaylarda doğrudur. Bir növdə gələ biz qarşılardıq bəzi vaxtlar. Hətta biz təşkilatlar olaraq bildirilər də verirdik. Və millətdə o qıraqda gəzmək, o mərkəzi etirazlara qatılmamaq özü göstərir bir ayrı vəzdən, buyurduğunuz kimi məşhurun bir ayrı tərəfindən baxanda, bunu da göstərir ki, millətdə bu qorxu var. Aman da aldanmayaq. Olmaya bizi aparırlar, tələyə salalar, qeysini bağlayalar, biz kəsilə bunların əvəzinə. Və bu göstərir, bu özünü göstərir. Fəqət bu balansı hifz etmək lazımdır. Mən inanıram ki, yox, Mətin Səfər bəy. Aldanmayacaq inşallah. Dünəndən Pezeşkanın əsli 15-in başına çatdıqlar. Sayin mən hörmətli qoyduğum bir Ərdəbilli, kökənli bir ustad var, gətiriblər onun başına, Seyid Cəvad Miriyə Minə. Ona, bəli, Miriyə Minənin o hökmün yayıblar. Buna görə ki, mən dedim, bəlkə dünənlər olubdur. Baxdım, gördüm tarixinə, seçkilərdən qabaqdır. Ona deyirlər ki, sən belə bir şey. İndi gərək yox, bu seçkilərin başına qoydunuz, bu adam bunun icrası üçün bir tərbiyə var. Dünəndən onu yazıblar.
İndi Azərbaycanda bizim bəzi Azərbaycançılarımız, indi mən bunu deyəcəm, həmlə eləyəcəklər də həttəmən dostlarımız ki, eşidirlər. Olsun, həlallar olsun. Dünəndən deyirlər aşağı B zəbanı türk yerinə elə bir hələ ana dili fəqət. Ana dilin fəqət ölkəsinə, ana dilində yox. Ana dilində yox, ana dil. Yəni elə hələ əvvəldə dalı oturdu. Bu ki dalı oturdu, o itələyəcəkdi. O itələyəcəkdi. O deyəcək ki, tamam məsələn ayda 1 saat. Bu deyəcək yox, həftədə 1 saat. O deyəcək o deyəcək axır 4 il bu çəkəcəkdi, 4 ildən sonra çıxıb gedəcək. Yəni qutardı getdi. Yəni siz əvvəldə ki dalı oturdunuz, yazıda məsələn mən nə qədər yazı gördüm. Dünən gecədən bu üzə bəlkə 20 dənə yazı çox gördüm, çox gördüm. 4 qrupda, 5 qrupda baxdım bunlara mən. Fikirəm ki 20-30 nəfər yazmışdılar ki, ağa elə çox mühümdür, hələ şeydən başlayaq. Yox, başlayaq deyil. Elə əvvəldə ki dalı oturdun da, dalı oturacaqsan. O dağın başından o əlizdən çıxdı, o əlizdə olan o güc. O gedəcək təbii. Da əlizdən çıxdı, o gedəcək. Sizinki deyil. Onu mən deyirəm. Yəni təcrübədən bilirsiniz, dərs almırıq. Mən istəyirəm bunu deyəm. Təəssüfənə mən. Onlar Yəni, bəli. adamlar hər halda federal sistemində Azərbaycanın sərhədləri necə təyin olacaq? Biz inandığımız həmin o xəritəyə ki, Güney Azərbaycan adına vermişik, elə o olacaq. Yəni bizim Güney Azərbaycandan olan təsəvvürümüz o federal dövlətin içində odur. Güney Azərbaycan. Odur. Tamam. Amma necə təyin olacaq? Yəni nəqşə odur. Tamam. Siz bu istəyinizdir. Necə təyin olacaq? Yəni poştvanəsi nədir? O nəqşənin arxasında necə istəyirsiniz durasınız, icra eləyəsiniz? Milli dövlət. Yəni o dövlət məhəlli ki, adı ala milli dövlət olur. Güney Azərbaycan dövləti arxası onadır. İndi o dövlət də çəkilbəklər. Yəni ona ərz edirəm xidmətinizə, bu vaqəən rahat görünməyən bir məsələdir. Mən bu xəritəni bilirəm, verəcəyəm, yox, məsələn, kütlə qəbul eləməyəcək. Farslar qəbul eləməyəcəklər, üstə şumallar qəbul etməyəcəklər. İndi o zaman bu qəbul etməməyin nəticəsində olacaq, qalıb hər bir dövlət məhəllinin nə qədər gücünə, nə qədər xarici ölkələrin supportu arxalarında olmasına və s. Yaşa, o güc faktoru çox önəmlidir. Yəni məncə güc faktorun bizə yaddan çıxarsa uduzaq. Qətlən elədir. Federal sistemdə az nüfuslu toplumlar ya topluluqların alın yazıların kim və necə yazacaqdır? Məsələn, Qəşqaylar var. Məsələn, Lordlar var. Məsələn, Kürdlər var. Siz onu az bildiyiniz üçün istəyirəm deyəm. Ya məsələn, onların nə qədər güclərinin olması və o biri məhəlli dövlətlərinin nə qədər güclərinin olması. Yəni, gəndə bayaq buyurduğunuz kimi, ərzələdiyim kimi, bu məhəlli dövlətlərin gücləri təyin edilir ki, hansı nə qədər gücü ola bilər. Misal üçün, biz sınandaşı torpaqlarımızın mitkəsi bilirik. O, mənim xəritəm Güney Azərbaycana inandığımdır. Amma bu, aya bir zamani mənim siyasi xəritəmin içində də yerləşdirilə bilər ya yox, o qalıb o zaman bizim gücümüzə. Yəni, güc təyin edir ki, misal üçün, Lorun mərzi harada? Şayət güclər o qədər çox oldu, qıraqda olan məhəlli dövlətlərin, ya Lor o qədər gücsüz oldu ki, əslən heç bir coğrafiya olmadı biləsinə. Bəlkə bu məhəlli dövlətlərin birisinin içində yerləşdirilib, bir azınlıq kimi orada başladı yaşamağa. Qalib indi o zaman o çəkişbəkişlər nəyə göstərmiş olsun? Gözəl. Federal İranda türklərin və Azərbaycanlıların Türk dünyası ilə ilgiləri necə tərif edirsiniz? Qalib hörmətin səfəri və o dövlətin tərifinə ki, yəni nə qədər biz o dövlətin ixtiyaratının təyin edirik, Güney Azərbaycanda olan məhəlli dövlətin. Bizim tərifimizdə necə ki, hətta ərteşi ola bilər, bu ərteşin olduğu halda müsəlləmən sizin dövlətinizin Vizarət Umur Xaricəsi ola bilər. Təbii ki, bu biçarçı, bu çartı dövləti mərkəzi altındadır. Vəli vaxtı biz təyin etmişik ki, mərkəzi dövlətinin özündə də orada olan səs çoxunluğun, ya səslərin sayısı millətlərin sayısı ilə təyin olunur. Dolayısıyla bunu da sağlayırıq. Bəs Azərbaycan orada da yuxarı əli vardır. Dolayısıyla özəlliklə Güney Azərbaycan eləyə bilər. Daha çox həm İranın bütünlüyünə eləyə bilsin, etkisini buraxsın. Həm də özünə gəldiyində daha əl-qolu açıq olsun, işlərin qabağa aparmaqdadır. Təbii Azərbaycan və Türkiyə bizim güc qaynağımız o zaman, yəni bunlardan böyük bir güc qaynağımız olmayacaq. Və mən zənn edirəm ki, o zamana gəlincə İranın indiki mərkəzi hökuməti
laxlayırsa, ya gücsüz olursa, şiddətlə onlar bizim arxamızda duracaqlar. Mən buna əminliğim var. Yəni belə soruşsam necə? Deyək ki, siz Azərbaycan tərəfindən o məclisi müəssisana keçsəz, İranda tapılan federal istir federal danışsın. Azərbaycanla Türkiyə və Türk dünyası ilə ilgiləri bizim direkt müstəqim İran dövlətindən, yəni o federal dövlətin icazəsiz bunu şərt olaraq qoyacaqsınız, yoxsa şərt olmayaraq qoyacaqsınız? O zaman Yəni təyin edir. əgər bunu qəbul edərsiniz, biz bu imtiyazı istiyoruz. Biz bu imtiyazı istiyoruz ki, Türk dünyasının məsələn qurulur, ya qurulacaq, ya qurulur, ya qururuq əslən. Bir parçası olaq. Siz bunu qəbul eləməsəz, biz federal sistemə yerləşmək. Əslində, hörmətli İnsaf Əliyev, bu olası işdir zaten. Çünki baxın, biz bunu istəsək, ərəb də deyəcək, mən də istəyirəm. Önümdə ərəb ölkələr var. Bəlus deyəcək, mən də istəyirəm. Bəlusistanın şərqisi o tərəfdə var idi. Türkmənlər deyəcək, biz də Türkmənistanla. Ortada başları böyüksüz qalan müfaslar olacaq bir Kürtlər. Amma çoxunluq üçün bunun arxasında ola bilərlər. Yəni, məncə bunu şərti lazım kimi qoyub, hətta kafi etmək də ola bilər. Ki, hər bir məhəlli dövlət onun həmmərzi olan ölkələrlə eləyə bilər müstəqim rabitə qursun. Hala raporunu da versin dövləti mərkəziyə. Sonra biz bizə əldən vermirik. Biz, misal üçün, əgər Ərəbistan, ərəblər, ərəb ölkələri ilə müravidədə olurlar, bizə bir xas bir zərəri gəlməz bilələrindən. Bir xas bizə əldən vermirik. Hakeza Bəluslar, hakeza Türkmənlər də. Kürtlərin də danışa biləcəkləri fəqət bir dənə iqlimi Kürdistanları ola bilər, istəsələr danışalar. Amma orada üçün mühasirədir, aşağıda ərəblər, böyürdə Türkiyə, üstdə bizlərlə. O da gənə də bir yerə varmayacaq. Məcbur da ərəb onda işbirliğə başlasın, dolayısıyla Kürtlərin əli boşda qolar. Yəni bu şərti qoymaq ola bilər. Bəli, biz dövlət məhəlli olaraq böyürdəki kənarımızda olan ölkələrlə müstəqim rabitəyə keçə bilərik. Ola bilər. Yəni indi məsələn biz Türk dünyasından danışanda mən özüm bir Türk dünyası təsəvvür edirəm ki, pasport yoxdur. Məsələn bir dənə ortaq ID kart var, yəni məsələn bir kartdır. Türk dünyası bir mərkəzdən o sadir olur ki, sən türksən. İndi onun bir armı var, üstündə bir rəngi var, sizin adınız var, falanınız var. Bəllidir ki, türksünüz. Məsələn, deyək ki, bu rəngdə bir kartdır. Bu şeydə pezeşkan da çalışdı, istifadə eləsin. Yox, belə bir kartdır, bunu göstərirsən, bundan çıxırsan, gedirsən, pasport da yox, bir şey də yox. Gedirsən, yaşırsan, dərs oxursan, evlənirsən, hər yerdə sevsən. Yəni, o ət yekədir bu torpaq ki, Amerika, Kanada bunun yanında kiçikdir. Rusiyadan sonra ən böyük məmləkət ola bilər. Hətta bəlkə Rusiyadan böyük olar uzunluğu. Uzunluğu böyük olur. Amma məsələn, tamam, belə bir şey olsa qəbul edərlərmi sizcə? Əlbəttə, onların nəfsinədir. Yəni, onların mənfəətinə olar əslində, amma zamanla bağlı var, hörmətli İnsaf Əliyev. Zamanla bağlı. Tamam, təşəkkürlər. Ərz edeyim ki, federal sistemdə farslardan hangi hüquqi, icrai təzminlər almaq olar ki, zorları bir zaman toplandı genədə, onda federalist sistemi dağıtmasınlar. Yəni, bu da bir təhlükədir. Biz həmişə görməliyik ki, bunlar bir zaman güclənərlər. Məsələn, Qacarda gördük bunu. Xarici güclərin gücü ilə gücləndilər və yıxdılar. O halda ki, and içmişlər qanun əsasiyə, Qur'ana ki, Qacar ailəsinə belə vəfadar qalacaqlar. Hələ türklərə ki, heç. Qacar ailəsinə and içmişdilər. Qur'ana əl basıb and içmişdilər. Bilirsiniz nə, hörmətli İnsaf Əliyev, oraya gedib çıxartdığınızda biz bəzi aşamaları aşıyacağıq. Yəni, bu da ki, indiki əlan sistemdir. Məsəl üçün, Xameyni götürürük və yerinə o dövlət mərkəzini qoyuruq. Oraya gedib çıxartdığımızda bir çox tabular sınıb oraya gedib yetişəcəkdir. Yəni, tamamiyyəti ərzi bəhsi gələ tərk ola, tabu olmadığı ortaya qoyula, məhəlli dövlətlərin qurulması təyin oluna, bir referendumun qoyulmasını şahid oluruq ki, məhəlli dövlətlər olsun və məclis-i müəssis düzəlir, məclis-i müəssisin içindən dövlət düzəlir, sonra məclis yaranılır. O məclis-i müəssisanın özündə bayaq ərzlədiyim kimi hər millətin sayısı qədər ora nümayəndə verilir.
Dolayısıyla bəs bütün millətlər bir-birini nə qədər sayı olduğunu qəbul etməli zorunda qalırlar. Dolayısıyla farslar onda qəbul edirlər ki, ən çoxu 30% məmləkətdilər. Və nəhayətdə bir dövlət mərkəzi yaranır ki, farsların orada səsi nəhayət öz dedikləri rəqəm əhləmə deyirəm ki, deyirlər 30%, yəni 70% qeyri-farslardır. 30% 30% rəy onların əlində ola bilər. 70% deyil. Bu 70% eğer birce beraber bahim çalışabilse ki çalışmalı da o zaman zaten qeyri-fars millətlərdirlər, ortaq bir qərardadılar. Bu 30% istəsə də bir iş görə bilməz. Çünki vəsətdədir və heç bir gücə də sahibliyi yoxdur ortada. Heç bir ölkə ilə direkt vasitəsiz təması yoxdur. Yuxarıda türklər var, türkmənlər, böyründə bizlər varıq, aşağıda qaşqaylar var, bəluçlar var, ərəblər var. Yəni bunlar mühasirədədirlər. İstəsələr də işbozanlıq eləyə bilməyəcəklər. Biz o nöqtəyə çatdığımızda, onun üçün oraya gelip çatdığımızda bunlar Allahlarındandır ki bu sistem yerində qalır. Bu şəkildə gitsin qabağa. Acaba federal sistemdə millətlərin haqqı olacaq qonşuları onların topraklarını işğal etməsin deyə silahlı orduları və gücləri olsun. Siz zahirən belə bir şeyi qəbul edirsiniz, silahlı güc olmalıdır. Acaba federal sistemdə federallaşma davtələbanə və milli gönüllü üstündədir, yoxsa zorludur? Müsəlləmən göyün üstündədir. Yəni zorla ola bilməz ki. Qəti şəkilli zorluq da təvafuq üstündədir. Təvafuq o tərəfə, neçə nəfərə, yəni neçə tərəfə qəti şəkildə. Güzel. Acaba federal sistemdə millətlərin və məmləkətlərin ayrılmaq və müstəqil olmaq haqları da olacaqmı? Genel ərz olunduğu kimi bizim inandığımız federalizmdə bu şərti lazım və kafidir. Yəni bu şərt gərək ola. O hökumət mərkəzi qəbul etməlidir ki, hər bir məhəlli dövlət zamanında istədiyində referendum istiqlalını qoysun, səs çoxunluğu gətirirsə, oradan heç bir sorun yaranmadan ayrılsın və siz sağ biz səlamətdeyiz. İranı federal etməkdən amac nədir? Bugünkü İranı federal edək, saxlayaq. Bu amac nədir? Bir yaygın cavabı budur ki, İranı qorumaq. Belə bir zat. Bəli, federalizmin qalib kimin tərəfindən tərh olunsun, Mətin Səfəri bəy? Dünən danışırdıq. Vaqiiyyətinə, gerçəkçiliyə eğer istəyirik gedək biz, hamıdan çox gələk farslar federalizmin peşində olarlar və federalizmin tərəfdarı olarlar. Vaqiiyyətə baxdığımızda farslar gələ düşmüş olurlar. Mən fars deyirəm, elə fars deyirəm. Dünən danışdıq. Yəni mən genə də təkrar deyirəm, dünən dediyim söhbətləri məsuliyyəti də öz boynumdadır. Mən elə bir yerə gəlib çatmışam ki, hətta bir təşkilatın sözçüsü olaraq da fars toplumu ilə farsın arasında roşan fikri ayırda bilmirəm. Farsın bağlı olan təşkilatları ilə farsın toplumunun ayırda bilmirəm. Və mütəəssifانه o bir nöqtədə varıq ki, biz hər nə toplumda gördüyümüzü opozisyon dilindən, əslən elə daxili opozisyon dilindən də eşidirik. O deyənləri də elə gənə millətin dilindən eşidirik. Mən ayırda bilmirəm. Onun görə kələməsin fars işlənir. Hüquqi sorunları da boynunda olsun, sorun deyil. Bunlar gələ hamıdan çox bu federalizmin peşində olur. Yəni onlar gələrlər indi live qoyurlar. Cənabınızın məni bütün fəallar çağırırlar ki, gəlin sən Allah federalizmə razı olur. Haqqınızı verəcəyik, ayrılmayın, getməyin. Dünya tərsi olur. Bizlər düşmüşük bunun dalına. Səbəbi nədir? Səbəbi budur ki, istiqlal düşüncəsi rahat düşüncə deyil. Bayaq çox gözəl işarə elədiniz. Rahat olmuş olsaydı, ölkələr adda müstəqil olur, amma əslində kölə qalmazdılar. Misal üçün İngilistana. Çox çətindir bu istiqlal düşüncəsinə gəlib və müstəqil olasan. Misal örnək vurum Cənubi İrlanda kimi. Silahını da götürdü, əlindən savaşdı, müstəqilliyini də aldı. Amma Şimali İrlanda qaldı. Çünki hələ düşüncə olaraq buraxılmamışdı. Bizim millətimizdə, mən sırf Güney Azərbaycanı deyirəm. Nə üçün bu federalizm düşüncəsi tərh olunur? Bəzi milli fəalların içində və biz də elə deyirik, biz də tərh edirik, misal üçün olsa bizdə şərtlərimiz budur. Çünki bizdə şiəçilik var. Şiəçilikdən asılı olaraq İrana bağlılıq var. Bizdə bu din faktoru o qədər güclü olub ki, İrandan qopmaq birbaşa çətin məsələ görünür. Bu şayət çox
yana bir söz olar, bəli, vaqiiyyətdir. Bir çoxlarından soruşsanız, özəlliklə hələ bəlkə orta yaşdan yuxarıdakılara birinci sualları olur, müstəqil olduq, İmam Rızanı getməyə, gedib görməyə viza almalıyıq. Gerçək deyirəm bunu. Yəni bu din faktoru çox böyük bir faktordur. Və ayrı faktorlar ki, İranla sən qopmağın qabağını alır bizim millətimizin bir bölümündə. Bu qopmağın qabağın almağının kəsmək yolu federalizmi tərk etməsidir. Yəni mən alternativini sunuram. Deyirəm, millətim, haqların pozulur, qəbul edirlər. Bizim bütün haqlarımız pozulur. Çıxış yolumuz biz deyirik istiqlal, öz dövlətin olmaqdır. Yox, bu çətindir. İran dağılmasın. Tamam. Bir çıxış yolun qalır sənin. Federal bir dövlət ol, öz əlin, öz başın, öz müqəddəratını təyin etmək yolunda qabağa get. İran içində qal, heç kəs demədi ayrılma. Amma haqların verilsin. Bu bədili sunduğunda top düşür Farsın meydanına. O buna cavab vermədiyində də o millətimizin beynindəki düşüncələrində budur ki, yox, gənə də İranın içində mənə bir zət gələcək, o qopmağa başlayacaq. Görəcək, yox. Da bir yolu yoxdur ki, İran çərçivəsində mən haqlarımı əldə edə biləm. Bu federalizmin tərəfi layiqən bizim tərəfimizdən budur. Bir də fərz-i məhalı qoyuruq. Deyək, fərz-i məhal oldu, birdən gəldi, federalizm oldu, istiqlal haqqını verdi. Biz olduq, istiqlaldan kimi qabağa getdik. Hə, bunu kim istəməz ki? Elə bütün istiqlalçılar istər. Bütün Güney Azərbaycanda olan bütün təşkilatların hamısı ki, istiqlalçılarda, mən burada onların əvəzindən izinləri ilə deyirəm ki, o deyilən federalizm yaransa, onlarda qol çəkilir. Bəli, xub, yaranmayacaq, bilirik tək yaranmayacaq. Bəli, tərk edirəm ki, millətim deməsin, siz elə birbaşdan getdiniz, oraya yetişdiniz. Xeyr, biz bu bədili qoyuruq. Olsa biz də buna razıyıq. Amma görürsünüz ki, olmur. Bu tərhimozu oradan ibarətdir. Hörmətli səfər. Yəni biz gəlin gövək deyirlər Türkiyədə olmuşuq. Yəni bilmirik əslində o evdə damat var ya yox. Aday yox. Yəni orada biri çıxıb müzakirə siyasiyə çıxmır. Yəni cəlib budur ki, müzakirə, siyasi müzakirədə danışdıqlarda bir dənə fars yoxdur. Və biz həm o şətranc oynayana bənzirik ki, həm öz tərəfimizdən oynuruq, həm də xiyali bir hərif düzəldirik, onun tərəfindən oynuruq. Elə deyilmi? Evet. Mütəəssifانə. Federal sistemdə İranı bütün saxlamağının hangi faydaları var? İndi faydası nədir? Xorasana gedəndə viza alsın, keçsin, Məşədə gedəndə nədir? Əraqa gedəndə viza alanda, ya məsələn Məkkəyə gedəndə viza alanda, Türkiyəyə gedəndə viza alanda bir çox müşkül çıxırmı? Yoxsa məsələn Məşədə gedəndə alsa nə olur məsələn viza? Amma bir sorumu yadımdan çıxartmaq, sorum yadınızdadır yoxsa? Bəli. Buyurun. Buyurun. Yəni bu federalizmin İrana faydaları olan olmalı. İranı federal saxlasaq, nə faydası var bunun? Ərəblərə, türklərə, bəluçlara, türkmənlərə faydası nədir? Hörmətli Səfər bəy, qayıdır ki, siz elə deyək ki, biz İranı bir yeri biz qanunmənd eləyirik, nə faydası var? Çox faydası var. Amma hər zət aslında o qanunlardan, o qanun necə yazılır? İranı federal etmək, hansı federal etməkdən söhbət gedir? Hər şivə, hər model federativ olursa, bizim bu beynimizdə bayaqdan tərh etdiyimdən xaric faydası olmayacaqdır o millətlərə, bizim zənnimizdə. Təhsil variantı ki, federalizm eləyə bilər faydası ola, bayaqdan çalışdığım, tərh etdiyim bir federalizmdir. Onun faydası ola bilər, bəli. Çünki o halükarda mənim elə məhəlli dövlətim var, yəni milli dövlətim var. Fəqət bu milli dövlətin çox balaca bəzi yerlərdə ola bilər, o biri milli dövlətlərlə təamüldə olmuş olar. Bəzi qaynaqların sourcelarını verə, bəzi sourceları ala. Amma ayrıca bütün istəklər ki, istiqlalda belə oy tərh eləyə bilər və əlində ola bilər. Dolayısıyla bir çox bölümü orada vardır. Heç bir haqqı əzilmir, əlindən də alınmır. Vaxtı siz istiqlalı, istiqlal haqqı faydadır. Onlar fayda deyil. Yəni onlar heç bir istifadə edir. Biz istiqlal həddində bir şey siz buyurursunuz. Yəni əslində o federal siz buyurursunuz. O istiqlala yaxın bir şeydir. Amma indi deyək ki, biz istiqlalda hər şeyimizin sahibi yox. Hər yerlə, hər nəticə üstəlik müamilə elərik, alıq veririk. Nə fərq elərsə, məsələn, niyə onu İran üçün də qalaq, məsələn, alaq veririk. Yəni İranda o federal qalmağın bizə bir üstünlüğü olmalıdır. Yəni istiqlala getmirik, istiqlalı fəda edirik federalizmə.
o fəda eləməkdə nə qazanırıq? Yəni bir şey əldən bir gərək vermiyor. Bəlkə qazanaq. Yoxsa İrandan Məsələn qazanclarımızın biri bu ola bilər ki, o zaman şərtlərə baxaraq biz istiqlalımızı bəlkə istəyirik. Amma bütün qeyri-fars millətlər və farslar daxilində bizdən xaric İranın çərçivəsini saxlamaq istəyirlər. Fərzi mahaldır da, fərz atıram. O zaman biz gərək ya qəbul eləyək bu dediyim federalizmi, ya gərək bütün 7 millət bir dənə xaric biz 6-sı ilə də silahlı savaşaq. Hansı nəfimiz ola bilər olarsa. Mən olsam dövlət başçısı, mən qəbul edərəm ki, bəzi vaxtlardan vaz keçsən, amma bu dediyim federalizmi alam. Əvəzin ki, 6 dənə qabağında olan millətlərlə savaşır. Bilirsiniz, o şərait o ləhzə təyin edir. Hansısı, nə mənə üstünlük sağlayacaq. Hər mahal buyurdunuz. İndi baxırıq məsələn şeylərə, parti siyasi varlıqlara, qurğulara, təşkilatlara baxırıq. Görürük ki, əksəriyyət ərəblərdə, türklərdə, bəluçlarda, türkəmənlərdə ya sizə federaldılar ki, istiqlalçıdırlar əslində, ya da ki, istiqlalçıdırlar. Yəni, haqqı təyin edilmişlər əslində istiqlalçıdırlar. Yəni, mən belə görürəm. Yəni, ikisi ilə danışmışam, görürəm ki, bunlar istiqlalçıdırlar əslində. Amma federalizmdə bir şeydir. Məsələn, deyək ki, %1 ehtimaldır, %10 ehtimaldır, %20 ehtimaldır. Məsələn, bir ehtimala görə. Amma, məsələn, baxanda görürük ki, o birisi millətlər almayacaqlar. Yəni, o bir ərəblər, bəluçlar dəli deyirlər gəlirlər, federala gəlirlər. Və indi siyasi partiləri də bunu gördülər ki, onlar istəmirlər bütün şeyi. Onda biz, mən sizə ki, bir sualı illərdir soruşuram. Günas TV-də bunu 2012-dən, 13-dən bunu özümə sual eləmişəm. Məsələn, İranda qalmağın faydası nədir? Hər nə cür qalsaq, bir dənə fayda deyək. Məsələn, bu sual mürəkkəb bir sualdır. Bu sual mücəzza deyil. Mən deyə bilmirəm. Bu sualı munfəkkəz vəqayi tarixi bərrəst edirəm. İranda qalmağın faydası federalizm içində orayacaq ki, bütün həvadis elə ittifaq düşər ki, orada bir federalizm qurular ki, mən gələm deyəm, o federalizmin faydaları budur. Əgər qərardır federalizm qurular, yəni bütün millətlər rizayətləri bunu olub ki, federalist olsunlar. Yəni onda ərəb də qəbul edib, yəni bəluç da qəbul edib, yəni lor da, türkmən də və Güney Azərbaycan çoxunluğu da o referendumdan səsi buna olub ki, mən federalizmi qəbul edirəm. Vaxtı bunların hamısı qəbul edir federalizmi, vaxtı mənim millətimin çoxunluğu referendum sandığın içindən deyir ki, mən istəyirəm İran içində qalam, mən nə iş görəcəm, hörmətin Səfəri bəy? Tüfəyi tutacaq millətimin əleyhinə qıram deyən xeyr, sən illa gələ müstəqil olasan. Yox, istəyir İran çərçivəsində federalizm hakimiyyətin içində qalsın. Dolayısıyla mən də gələ onun yanında duram və çalışım o federalist qurulduğu hakimiyyəti daha çox mənfəətlərini sağlayan millət. Amma orası doğru. Yəni, orasının əslində o haqqı təyini sərnəmişdi, millətin rəyinə qoyaq, o ayrı bir şey. Əlbəttə ki, məsələn, mənim şəxsi nəzərim fərqlidir. Amma yəni, sizin nəzərinizə hörmətən. Amma indi bir dənə bir dəlil tapaq deyək ki, federalizmin bu faydası olar bizə ki, istiqlalda yoxdur. Yəni, orada qalmaq bizə bir fayda getirir ki, istiqlalda yoxdur. Mən istiqlalı o faydaya görə görmədim. Əlbəttə, mənim nəzərimdə, mən öz nəzərimi desəm, mənim nəzərimdə ən üstün hüquqi milli istiqlaldır. İstiqlaldan üstün hüquqi yoxdur. Ondan üstün hüquqi milli yoxdur. Məsəl sayın xidmətçisi, dünən biz söhbət edirdik. Özünüz buyururdunuz ki, Azərbaycanda bizim yeraltı qaynaqlarımız çoxdur. Amma onların istehsalı üçün sənayemiz, sənətlərimiz, eyni İsfahan kimi, Yəz kimi, Kirman kimi varımız deyə yoxumuzdur. Aya nəftimiz ki var, buğan doludur nəftlə. İstixracı üçün əlimizdə bir imkanat vardır, yoxdur. Bunların istehsalı üçün hətta 15 il, 20 il sərmayə güzarlıq lazımdır. Bu 20 il, 15 il nə edəcək? Baxın, mən özüm bir istiqlalçı olaraq danışıram bunları. Yenə də o ləhzə, o şərait, ola bilər millətim çıxa deyə mən 70%'ın bunları görürəm. Çünki o zaman da fərqli partilər çıxacaq, bir bölüm necə İran içində qalaq istiqlaldır. Deyəm, mən 70% camiəyəm, gözümün qabağını alıram, 20 il yavan çörək yiyəcəyəm və müstəqil olur. Onu da seçə bilər. Seçsə də onda fərqli olur. Deyirəm, siz bildiniz, sərmayə güzarlıq gətiririk Türkiyədən, gətiririk Azərbaycana, Amerikadan, itdən qutdan, hər yerdən. Sərmayə qoyuruq buraya,
Amma siz də dözümlü olmalısınız. Və ola bilər də millətim olarsa deyə xeyr. Mən bu dözümlülüyü uzun illər içində istəyirəm. Bu 20 il sərmayəguzarlığın pulun, misal üçün istehsalın ver faslara, kursantın al, sərmayəguzarlıq elə. Yəni nə? Hələ mən indi bu suala, elə bu ləhsə zehnimə gəlir. Məsələn, Türkiyənin Van'da olan karxanalar ki, bizimlə çox arası yoxdur da, bilirsiniz. Məsələn, 2 saatlıq, 3 saatlıq bizimlə, sizdən də ki, Təbrizlə 3 saatlıq arası var. Şeylə də, sizin olduğunuz yerlə də bəlkə 1 saatlıq arası var, ya az ya çox. Yəni Azərbaycan yapışıqdır Van'a, Türkiyə, o birisi Azərbaycanın Naxçıvana yapışıqdır. Yəni məsafət yoxdur. Buradan İsfahana 1 gün yarım, 2 gün yoldur. 2000 kilometr, 1500 kilometr yoldur. Burada ama Təbrizdən, ya məsələn Mis Süngündən Türkiyə, ya Azərbaycana məsələn 4 saatlıq, 5 saatlıq yoldur. Yap çox olsa. Və bu 5 saatlıq yol, mən buradakı karxananı niyə qoyum aparım ora? Yəni, məsələn, özümü deyirəm ha. Mən Türk dünyası burada qulağımın dibində Türkiyədən, mənim milli mənafeyimə daha uyğun, mənfəəti də var, ona gedər. Karxanası da buradadır. Eyni halda bir dana düşmənim ki var, 100 ildir məni işğal edib, sümürüb, təhqir edibdir, onun da təhrim edirəm, qoymuram geçsin, karxanası olsun dəmir. Gətirsin desin ki, Azərbaycan, gəl bu dəmirləri məndən al müftəsinə. Təbii o da ola bilər. Yenə də mən qayıdıram, hörmət İnsafəli bəy. Biz danışdıqlarımız indi şəraitləri nəzərdə almadan danışmaqdır. O ləhzəyə bağlı var. Eyni Brexit kimi. 50% dedi çıxaq, 50% dedi çıxmayaq, çıxdılar, indi təzədən qayıtmaq istəyirlər. Yəni o ləhzə qalıb millətin çoxunluğu buyurduğunuz kimi bunlar o zaman tərh olunacaq. Bəzi müvafiq, bəzi müxaliflər hansı üstünlüğü sağlasın? Mənim özümə gəlincək, mən birinci gün ərz elədim, yəni təşkilat olaraq da o referenduma biz istiqlalı sallıq. Tamamı çətinlikləri diqqətə alırıq. Çünki etiqadımız var, əgər o şərait o zaman zehnən və eynən bütün Orta Doğuda yaranıbdır ki, o referendum qoyula, təzmin yoxdur ki, o bir dəfədə o sandıq qoyula. Hətta dövlət mərkəzidən təzmin də almış olsa. İskotland kimi. Yəni də quruldu sandıq, sən istiqlalı al, təndir istidi, yapışdır, sonra bilərsən nə edirsən hələ. Biz özümüz ondan yanaq. Bəli, mən fərz tuturam buna ki, millətimizin çoxunluğu hər səbəbdən asılı olaraq dedilər ki, biz federalizm istəyirik. O halükarda biz hansı federalizmi suna bilərik düşüncəsindəyik. Yəni, onun əzri biz onda yol qalıyaq ki, millətimizin... Onda da mən deyərəm ki, konfederala gedək. İstiqlalımız alaq, sonra konfederala gedək. Yəni, İtfaiyyən dünən söhbət elədik. Yəni, bəli, konfederallıqla yarana bilər ondan sonra. Yenə də hamısı bağlı var millətimizin istəyinə. Doğru. İndi federal sistemdə İranı bütün saxlamanın hangi zərəri var? Tamam, xeyrindən danışdıq, bir şey tapa bilmədik. İndi zərərindən danışacaq. Saxlasaq nə zərəri var bizə? İnanın çox mövqeyiyyətdə danışa biləcək bir zat. Məncə təsəvvür edirəm ki, o ləhzə hansı ittifaqlar düşür. Yəni o zaman bu İran dövlətinin dünya ilə rabitəsi necədir? Azərbaycanla rabitəsi necədir? Türkiyə ilə rabitəsi necədir? Bizim müstəqil rabitəmiz var. Aya işbozanlıq var o mərkəzi dövlət tərəfindən. Bu fərzlər çox önəmlidir, hörmət İnsafəli bəy. Misal üçün mən dedim, biz sayımıza baxaraq usulən gələk o mərkəzi dövlətin 50%-dən çox səs haqqı bizdə olar. O birilər qəbul etməzlər. Amma İranın səsinə baxdığımızda sayına biz 40 milyondan çox inandığımız olsa, yəni Qəşqayları da hesablayırıq. Hamımızın səsi gələ 50%-dən çox olar usulən. Türkmənlər, Qəşqaylar. Dəqiqə, bunların hamısını hesablayırıq ki, 50%-dən çox olar. Bunu sağlamadıq 49% biz. Vəli fərz tuturam. Gəldi o qalan 51% əleyhimizə oldular. Onda müsəlləmə şərait fərqli ola bilər. Yəni buranın hər birisi özünə görə bir zadlığı var. O şəraitə biz çatırıqsa, onda İranın dağılmağı bizim nəfimizədir. Müsəlləmə. Əgər şərait oraya çatırsa, əslən həmin o referendum işi deyirik, onu qoyarıq, biz konfederativ bir hökumət dövlət olduq, Azərbaycan Türkiyə üçlü birlikdə. Yəni bilirsiniz, o şərait çox-çox önəm daşıyır. O ləhzə hansı təslimləri tutar. Və dəqiqən bunlara görədir ki, biz yenə də deyirik, əgər bir federalizm haqqında danışılırsa, ki, bir tərəfi gələ farslar ola, şərti, lazım və kafi və təhcə şərti ki, ondan biz vaz keçməliyik. Əsən desinlər, ana diliniz olmasın, bu həddə deyirəm. Vəli o istiqlal almaq, hüquq bizə tanınmalıdır. O hüquq gələ bağışlar. Qonağımız var idi. O haqq bir əhməd, ricad kimi oldu. O haqq bizə verilməlidir, yəni qail olunmalıdır.
o haqq bizə qail olursa, şərait nə olursa, millətimizə güvənərək biz oradan çıxa bilərik o sözümlə. İndi ben bir sual soruşum ki, hiç qonaqlarımızdan bunu soruşmamışam, sizdən soruşum cəsarətən. İndi fərz edək ki, biz istiqlal, yəni o mərhələyə yetişəndə ki, təsmin tutacaq bizim millətimiz ki, nə olsun, yanımızda bir Türk dünyası qurulubdur rəsmən. Pulu var, dövləti var, ordusu var. Acaba bu da o federal o şeyə getməlidirmi məsələn ki, o referenduma istəyirsiniz Türk dünyasına qoşulasınız ya İran diye orada kalasınız. Gərək ola da olmuyor. Fikrim gərək ola da. Ben onu soruşuram. Yəni istəyirəm ki, əlan zehnimə gəldi ki, məsələn deyək ki, 5 iləcən Türk dünyası vaqəən məsələn bir hadisə gəldi, yəni bu hadisə də gələcək. Türk dünyası məcbur oldu birləşə. Məsələn bir daha dava çıxdı, Türk dünyası gör ki, birləşməsə həsb olub gedəcəkdir. Foridir daha biz ordu qurmağa məcburuq və pulumuzu birlətməliyik, hər şeyi birlətməliyik. Pulu getdi, vətəndaşa da bir dənə kart veririk, tamamən 300 milyon bir dənə vətəndaş. Acaba o soru gəlməlidir ki, istəyirsiniz İran içində qalasınız, yoxsa Azərbaycan Türk dünyasına qoşulasınız. Belə bir şey referenduma getməlidir? Niyə getməlidir? Yəni o referendum ki, siz ondan danışırsınız, ha, istəyirəm onu deyəm. Niyə o referendum? Ola bilər. Açığın ərzəyim xidməti, gənə də bu söhbətlərimizin içində var. Bir misal vurum, şayad biraz rəbsiz olar, bir band var, musiqi bandı var, kasıb bənd. Bəlkə yoldaşlar eşitmiş olar, tənz oxuya, türkü oxuya mən çox bəyənirəm. Bunların bir yerində bir diyalog var, deyər, dostu Zəhv var biləsinə ki, maşın tapmışam, gedək Şumala, Təbrizdədirlər. Böyle çox qəşəngdir, nə zaman? Deyər, sabah saat 6-da, deyər, harada görüşək? Deyər, polis rahat. Burada deyək, polis rahat, gedəncə qırıq alanında gedərəm, dedim, mənə hara varsın? Ki, mənə evimizin qabağında. Bu federalizm bəhsi, o referendum oraya çatmayacaq. Çünki bu bəhsin açılmağı İranı dağıdacaq. Gerçəyi budur. Yəni, heç bir fars, nə opozisyon, nə toplumunda tab yoxdur ki, tamamiyyət ərzinin dağılmasını göz qabağına ala bilsin. Aldığında, ya o şərait yarandığında, dünən sizin sözünüzə mən qayıdıram, acı olmuş olsa da savaş düşəcək. Bu savaş bir gün çəkəcək, bir saat çəkəcək, yarım gün çəkəcək, çox çəkəcəyi o zamanki şərait təyinidir. Vəli mən əminəm ki, İran o dövrani guzar bir federalizm ya konfederalizm filanın təyin etməyəcək. Bu fənər o qədər sıxılıbdır ki, bu atdığında da o qozinələrdən üstün atacaqdır. Vaqiyyəti mən özüm buna inanırım. Biz sanki bir müadiləni həll edirik. Bu müadiləni bilirsə, təqsimlər sıfır olanda fərqli yerlərə aparsınız, fərqli x-lər tutursunuz, y-lər tutursunuz. Biz onları danışırıq. Bəli, gərsəyə gəldiyimizdə bu müadiləni bir dənə həll edən sonra mənə ayrı bir variantı yoxdur. O da budur ki, mərkəzi hökumət getdiyində İran dağılacaq. Və dəqiqən ona görədir ki, elə dünən danışdıqda Behnudi olsun, hansısını görsəz də deyirlər, göy gələcəksə amandır. İran qoymayın, mərkəzi hökuməti lıxlasın. Hətta Şah belə, Pəhləvi sülaləsi, Ağay Ruh Pəhləvi belə deyir ki, mən sipahla danışıyorum, Xameneyə getsin, mən gəlim yerinə. Sistem dərpəşməsin. Çünki hamısı bilir. Sistem dərpəşsə, biraz ləxləsə, qeyri-fars millətlər dayanmayacaqlar ki, hələ bir nəfərlə müzakirə edərlər. Ay, gəl oturaq, danışaq. Mən dünən ərz elədim xidmətçisə, bu federalizm öz bəhsi millətlər arası 3 nəsl aparır. Çünki o qədər nüqat iftiraqımız var, əslən biz anlaya bilmirik bir-birimizi. Yəni biz qeyri-farsda bir-birimizi anlamağımız bu qədər uzaq olarkən yaxındırsa, farslarla biz əslən nöqtə-i müştərəkimiz yoxdur bizim. Mən elə oturam nöqtə-i müştərəki tapam, bəhs eləyəm, müzakirə eləyəm, 4 nəsl gedir. Yəni mənim nəvə nəticələrim gəlib ki, apararlar bu bəhsi qabağa. Heç bir coğrafiya da 3-4 nəsl gözləməz. Mən istəyirdim soruşam ki, o zərərlər nədir? Siz zərərləri saydınız elə. Biz 3-4 nəsl ən azından bunun bəhsini aparmalıyıq. Vaqiyyəti odur, Mətin Səfərov. Yəni bəzi yoldaşlar federalizmdən baxışları çox belə sentimental, yəni çox belə pakizə, çox təmiz bir fəzai danışgahıda oturmuşuq, bəhs edirik.
sonuç cələsindən çıxacaq, elan eləyəcək, hamı da çəpik çalacaq, mərzidə çözüləcək. Əsas bu deyil. Vaqiən bu deyil. Bu cür olsaydı İsraillə Qəzzənin savaşı bu qədər çəkməzdi ki, çox rahat idi də. Ha, İsrail məhkumdur. Bu məhkum cini xiddəhliyi biləsin. Yaxud Ukrayna-Rusiya savaşı bu qədər çəkməzdi. Yəni məsail vaqiən bu qədər sadə deyil. Federalizm İranda qurulmayacaq. Düzdür, mən özüm, yəni biz təşkilat olaraq da şuruti qurulmağını danışırıq. Və nə əmələ gəldiyimizdə qurulmayacaq. İmkanı yoxdur. İmkanı yoxdur. Məgərin ki, biri gələ deyə, farslar toplu olaraq, camiə olaraq bugün yatdılar, sabah qərardı yuxudan durarlar və bütün bizim əzilmiş haqlarımızı birdən-birə gecə vəhy ola bilələrinə və qəbul edələr. Onda hə, ola bilər. İndi bu vəhy, mucizəyə kim nə qədər inanırsa, 20 milyon, 10 milyon nəfərin birgə mucizəsinə o eləyə bilər federalizm haqqında etiqadı olur. Yəni əslində siz bir şeyə işarə edirsiniz, çox cəlibdir. O da budur ki, hətta ziyalıları qəbul eləsə, siyasiləri qəbul eləsə, bizim avamla müşkülümüz var ki, onu qane eləyə bilməyəcəkdir. Onların beyni 100 ildir yuyublar ki, belədir. Necə bu qane eləyə bilər? Məsələn, mən görürəm Pezeşkan gedib Tehranda danışırlar, gediblər yanına, gəliblər orada söyüş, savaş verirlər, o da oturub qulaq asır. Yəni, vəziyyətlə şey yok ki, özlərini qəbul edirlər ki, rəydə uduzublar, amma gəlir orada deyir ki, mən səni qəbul eləmirəm da, mən filan kəsə rəy vermirəm. Cəlib də bir şeydə ondan oxudum. O Səid Nəmən Cəlilidən oxudum. O deyir ki, mən 14 milyon adam rəy gətirmişəm. Əslində savaşa çıxır. Mən belə görürəm, mən dediyim olacaqdır. Əslində bu adamı ya gərək tutub salarlar zindana, ya da bu savaşa çıxacaqdır. Bunu mən görürəm. Ki, bu adam bir şey olma qəbul eləmirəm. Mən 14 milyon rəy gətirmişəm. Pezeşkandan biraz az gətirmişəm. Mən özüm bir prezidentdən burada elə aparacağım işlər. Yəni, İslam ərz eləmişəm. Elə bu, yəni, əvamı nə ki, qane eləyəcək. Hətta o ziyalısı, mən 100 ildir bunları demişəm, indi 100 ildən sonra bunları nə cür qane elətdirəcək. Yəni, bu özü bir ciddi prosesdir. Var onun ki, bunu da mənim zehnimə saldırsam olur. Hangi səbəblər və çıxarlara görə İranı federal sistem ilə qorumaq və saxlamağı istəyirsiniz? Səbəbiz nədir? Biz istəmirik, bizim boynumuz. Mən bayaqdan bu qədər... Amma federal sistemdə görürsünüz. Yəni, o istəyirəm ki, hər halda zehninizin bir cüşəsində bir ehtimallar verirsiniz ki, bu bəhsi də yola salaq, bu şeyə görə. O səbəblər ki, vardı, səbəblərdən danışaq. Yəni, istəyirik biz millətimizə deyək ki, bizim millətimiz hər halda birlikdə, bunu qəbul edirik. Bizim millətimiz 5 nəsl biridir ələn. 5 nəsl ələn torpaqında yaşır. Bu 5 nəslin 3 nəsli pan-İranistdir. Mən onların içində. Cənabız gəncisiz, bəlkə onun içində dəyirsiniz. Amma mən içində 3 nəsl məndən üstə, mənim nənəm dədəm və mənim nənə dədəmin dədə nənəsi, əgər diridirlər ki, çoxu diridir, onlar, hətta bəlkə bəzən deyirəm 40 yaşdan deyək, amma 50 yaşdan da desək elə odur. Yəni, məndən aşağı bir nəsildə yarım nəsl qatışır, o 3 nəsl olur hər halda. 3 nəsl İranda pan-İranistdir. Biz bunlar o günündəki deyirsə, referendum günündə. Bunlar gəlib rəy verəcəklər. Yəni, bundan belə ki, pan-İranistlər, amma rəy verəcəklər və biz bunların rəylərinə ehtiyacımız olacaqdı o gün. Ya istiqlal, məsələn, ya federal, ya Türk birlik dünyasına qoşulaq falan. Orada biz bunlara deməliyik ki, zərərli nədir, xeyri nədir? Yəni, indidən biz bunlara deməliyik, bu bəhsi aparmalıyıq. Mən yadıma gəlir, bunu deyim, Ruznamə Səlamda işləyirəm, danışçıyam. Bir parçasında... Əfəndim? Səlamda işləyibsiniz siz? Mən Səlamda çox məşhur Ruznaməniqarizm, çox. Mən əslən adımı Səlamda qazanmışam. Mənim Səlamda olanda təqribən rəqabət İranda xəbərniqar rəqabəti, məndən rəqabət edən xəbərniqar yox idi əslində. Özdə danışçılıq deyirəm də. Mən fars dilinə çox xidmət eləmişəm, mütəəssifanə deyim bunu. Mən o zaman yazdıqlarım danışqata dərs deyilirdi. Mən İrandan çıxandan hətta bir 6 ay sonrayacam, xəbərim var ki, dərs deyildi. Sonra da danışqatdan rabitəm kəsildi, görəm ki, qalıbdı. Dərs üçün də çıxmışdım, əmələn opozisiyondaydım, inanmıram dərs deyildilər, amma yəni o mənim yazdıqlarım dərs deyilirdi. Səlam tarixsaz Ruznamədir, tarixsaz. Tarixsaz
yazların da biri mən idim, biri Abbas Sabir idi, biri də bu şeydi də, yəni Əkbər Ələmi. Biz o ruznamədə elə deyə bilirik ki, əsli savaşlar bizim üstümüzdə. Bu üç nəfərin üstündə olurdu. Əlbəttə o şey özü də yazırdı. Hərdən bir şey, qısa bir şeylər yazırdı. Bəzən də dostlar yazırdılar, onun adına çıxırdı. Amma Ədo Səlamda məsələn yazılırdı. Onlar şeydi. Bəli. Amma oradan keçək. Yəni, nə deyirdim? Sual nə deyirdim? Hara getdim mən? Əmrəl elə şiarızdansınız. Elə yerə getdim ki, yəni tarixdə itdim. Tarix beləsidir dostlar. Adam qeyd o tarixə girir o rəylərdən buyururdunuz. Yəni biz o millətimizin bir bölümünün panelist olmağı ilə biz uğraşacaq. Yəni onlardan buyururdunuz. Yəni onlar sandıq başına gedəcəklər. Bəli. İndi biz onlara deməliyik ki, ağa bunun xeyri nədir bizə, zərəri nədir ki, onlar o rəy günündə bizi onların zehninin üstündə çalışmalıyıq. Onu istəyirəm deyəm. Ona görə soruşuram ki, görək məsələn bunun niyə istirik saxlayaq? Səbəbləri nədir? Hörmətli Səfəli bəy, biz nə İranı istəyirik, mən öz tərəfimizdən danışıram. Biz nə İranı istəyirik saxlayaq, nə qəsdimiz də budur ki, federalizmin yaxşı tərəflərin ya pis tərəflərin verək. Biz inanırıq ki, bizim düşündüyümüz, tərif elədiyimiz federalizm əgər icrayı olursa, millətimiz şayət rəy versələr ki, İran federalist hakimiyyəti olsun, içində qalaq, bu o qədər bilələrindən xoş olsun ki, hətta bilələrin daha fərəhləndirsin, istiqlala sarı getməli. Bəli, bunlar canibidirlər. Mən bayaq ərz elədim. Bizim ən əsas hədəfimiz təşkilat olaraq federalizm bəhsinin bu formatda ortaya qoyulması dəqiqən həmin o zehniyyəti İrançılığa olan millətimizin bir kəsiminin əlindən olan o ümidi almaqdır. Yəni, baxın, bir millətimizlə tərəf hesabıq ki, siz buyurduğunuz kimi inanırlar ki, İran içində haqları veriləcək və onlar lazım deyil istiqlala düşünələr. Düşüncələri budur. Bir zaman siz buyurdunuz da bu İrancılara xidmətə. Mən özüm inanıram ki, bir millətçi bərain ki, millətçiliğə formalaşsın, əvvəl gələk İrançı ola, sonra gələk islahatçı ola, sonra gələk millətçi ola. Bunu eləyə bilər təcrübədə yaşaya, ya eləyə bilər oxuyub, öyrənib, təcrübələri diqqətə alıb, özü yaşamadan gələr. Vəli bunları yaşamalıdır. Yəni, İrana inanmalıdır. Ki, sabah gəldi Güney Azərbaycana inandı, biri inanan birisini qani eləyə bilər. Çünki özü o məsiri gəlir. Deyə, ora iştibah idi. Mən indi buradayam, bu məsiri gəlir. İranda islahata inanmalı olmalıdır keçmişdə. Ki, indi ələn qəti ümidi eləyib islahatdan, biri hələ islahata inanır, deyə mən də sənin yerindəydim. Bu dəlillərə görə rədd olmuşam buradayam. Ya təcrübə, ya teorisin bilməlidir. Biz o millətimizə o zaman ki, qərardır, misal üçün təyin edici rolu olar. Ya səs verək, ya hətta da indiki halımızda ki, bu məsirdə bizim yanımızda olmağını istəyirik. Müvəzzəfəm deyəm, bax, sən İranda qalmaq istəyirsən, çox gözəl. Məncə ayrılmağımız, istiqlalımız, öz vətənimiz olmağın faydası qat-qat ondan çoxdur. Qəbul etmirsən, inanmırsan, saygın var, çox gözəl. Onda əgər istəyirsən İranda qalasan, layiqəl bəs bu federalizmi istə. Çünki bunda sənin haqların veriləcək. Onu da qəbul edər. Deyək, çox gözəl. Haqlarım ərzləyib, bəli. Gələ haqlarım əldə olar, çox gözəl. İran içində bəli istəyirəm onu. Ha, okey. Alternativim nədir? Aha, bu federalizmdir. Onda tutacaq bu federalizmi əlinə, getsin həmin özünə İranlı, vətəndaş, yoldaş, qardaş bildiklərinə bu federalizmi suna. Ağa biləyizə bir çıxış yolu gətirmişim. Fars, gəb işbirlik edək. Onda həmin Farsdan aldığı cavab elə bir silli kimin üzünə olacaq? Ki, gələcək mənim yanıma deyə, mən də gəldim, sənin yanında durdum. Bu federalizmi hətta qəbul etmədilər. Bu, İrandan bizə zat çıxmaz. Elə istiqlalımız bizə hər zatdan yaxşı ola bilər. Bizim baxdığımız tərəf budur. Ona bir alternativi verirəm ki, özüm bilirəm ki, oradan bizə çıxmayacaq. Bəli, buraxıram, özü getsin, onu təcrübə etsin. Necə ki, misal üçün Pezeşkan bəhsində də yoldaşlarımıza istoriyalar da qoyduq. Dedik, bundan sonraya baxaq, yola devam, daha güclü. Bu olsun bəzi yoldaşlarımıza yeni bir təcrübə. Qazanmamışdınız, indi təcrübə etdiniz bunu, amma əvəzində bu təcrübə ilə yüklü ki, dərək qabağa ayrı yollara. Eyni həmanında elə dəqiqən o yoldaşlar istəyirik, o İrancılara. Bu federalizmlə gedin qabağa,
Görün sizin ana dilinizi belə qəbul edirlər. Sizə Azəri deməkdən mən çəkirlər ki, hələ sizə gəlib ayrı xalqlarınızı verirlər. Əmin olun onda həmin o panelist dedikləriniz gələcəklər bizim yanımızda duracaqlar. Biz bunun üçün bu federalizmi pişnahad veririk. Bir bu ki hər bir rəy o gün ki gedəcək səsə, referenduma, hər bir rəy mühümdür. 50 bə əlavə 1-dir, 51% deyil. %1% deyil. Bəlkə 50% bir də bə əlavə bir adam orada təyin edilicidir. Onun üçün önəmli olacaqdır bu insanların, panelist insanların beyni türkçüləşsin ya həqiqəti görsün. Bir bu önəmlidir. Bir də bu ki, mənim bu günləri zehnimdən çıxır. O şeyləri ki, istirdim deyəm. Məsələn, mən məqalə də yazdım ki, Pezeşkiyan İranın ən son şeydir, silahıdır. Bununla istəsələr saxlayırlar, saxladılar. Amma dünəndən ki, görürəm, məsələn, bu şey gəlibdi ortaya, girdim, alternatifi yoxdur. Ayrı rejimin. Dünəndən ki, bu Seyid Cavad Miri Minnət gəlib ortaya. Deyirəm ki, bax, bunlar bunu saldılar şorabiyə. 4 il sonra, 8 il sonra belə bir adamı çıxadacaqlar. Deyəcək ki, ağa, mənim 20 dənə da qanun əsasını icrası üçün, ana dilinin dərs oxuması üçün falan üçün, bilirsiniz, çox bunun kitabları var, çox. Hər il fikirib 10 cild kitab yazır bu adam, hər il. Biz eşitdə olanlara da çox məhəbbətləri var, mən bildiğim qədər. Əfəndim? Biz eşitdə olanlara da çox məhəbbətləri var. Yaxşı adamdır, düşüncəli adamdır, məncə Azərbaycancıdır, məncə millətlərin haqqını tartışır orada çox bu cəhətdən şeydir, yəni istədim bunu deyəm ki, nəzərimə gəlir ki, rejim eləyə bilər ki, Miriyə Minnəli 8 il yaxdırar şurabiyə, 8 ildən sonra çıxada, bunun 50 dənə də kitabı vardı, çox hüquqi bəşərçidir, çox insancıdır, çox millətlərin haqlarını difa edir. Yəni biz yenə toğlanmağa hazır ola bilərik 8 ildən sonra. İnanın. Muvafiqəm. Hələ ondan sonra bizim yoldaşların biri də yazmışlar. Qadın prezidentimiz hələ olmuyor. 8 il. Ay yaşa. O da var. Nərgis Məhəmməd dedim, elə zindandan çıxadıb prezident eləyə bilirlər. Olabilir. Federal İranı quranda və İranı qoruyanda amaclar millətlərin iradələrini yürütmək, istəklərin işləmək, milli yaşamlarına yol vermək, özlərinə layiq gördüyü haqları yaşamaqdırmı? Yoxsa məsələn başqa bir şeydir? Müsəlləmə ki, onların istəyi o olacaq. Yəni, milli mənfəətlər üstündə qurulmuş bir zat olacaq. Müsəlləmə. Qəti şəkil. Hangi güclər federalizmlə müxalifdirlər? İndi bu tərəfdən də baxaq. Gözəl bir sualdır. Bayaq ittifaqını siz buyururdunuz. Mən qəbul edə bilmirəm. Birinci gün danışmışdıq bu konuda. Mən qəbul edə bilmirəm ki, bir nəfər istiqlalçı ola və haqqı təyin sərnişinçi olmuyor. Mən icazənizlə onda onun istiqlalçılığına şək edirəm. Çünki istiqlalçı birisi zaten əslən hər bir millətçi millətin arxasında durmağa and içir. Sülh yolu olsa, sülh yolu ilə təbii ki, geçsin orada bizim millətimiz sülh, təbii ki, o sülhü yaradar. O biz də istərik. Məncə, yəni aya bir istiqlalçı var ki, misal üçün o referendumdan millətin istəyi əslən federalizmdə demirəm. Elə indiki Xameneyin hökuməti ola, əslən bir dənə biz sandıq qoyduq. Oradan millətin istəyi bu ki, biz elə bu Xameneyini özümüzə rəhbər bilirik. Hələ özü heç müştəbana da bilirik. Mən onda nə iş görəcəyəm? Milletimin əlinə silah çəkməyəcəyəm ki. Qəbul edəcəyəm. Müxalif olacağım, amma qəbul edəcəyəm. Yəni, pəs dolayısıyla hamımız haqqı təyin sərnişinçiyik. Hətta istiqlalçılar da haqqı təyin sərnişinçidirlər. Bura heç bir qarşı-qarşıya deyildir. Biz hamımız buna inanırıq. Öz düşüncələrimizə rəğmən millətin çıxdığı nə olursa ona təmkinli davranacaq və əleyhinə də olacaq. Yəni, intiqadımız olacaq, fəaliyyətlərimiz də olacaq. Proçanda özü çalışmışıq. Yəni, biz çalışmışıq ki, istiqlalçılar çalışıblar ki, millətə deyələr, ağa, yol nədir, bu daha yaxşı mənafə nədir? İstəmirsinizsə də ki, sualınızı hörmətin səfərdir. Və kimlər bu federalizmə qarşı ola bilərlər? Onun üçün istədim onu deyəm ki, əslində heç bir
milli qüvvə federalizmə qarşı ola bilməz. Əlbəttə ki, fərqli federalizmlərin metodu var. İzninizlə mən öz dediyim federalizmi deyim, özümüz sunduğumuz. Yəni mən fikir eləmirəm, bir istiqlalçı təşkilat ola ki, bizim verdiyimiz bu tərif az federalizmi qəbul etməyə. Yəni bir federalizm içində haqqı istiqlalın da rəsmiyyətə tanınır. Mən fikir edirəm ki, əgər o sandıqda millət bunu seçsə, istiqlalçı yoldaşlarımız biz özümüz istiqlalçı bilirək, qəbul edərlər. İstəyən bura gələmsə, tam ki, qeyri-fars millətlərin içində hamısı həzinə fayda edir. Bir addım da görsələr ki, milli mənfəətlərin uğrundadır, qabağa gələrlər. Mən mutmainəm, istiqlalçı yoldaşlarımız, mən ayırmıram özümü, yəni biz özümüz də onların daxilində sabah və hər dəlili İran gəldi dedi, ana dilində mədrəsə verirəm, deməyəcək ki, vermə, ver, olsun, qəşət. Hər addım da doğrudan bir tükəskür, hətta qopatmaq da qazançdır. Əsas müxalifət ittifaqən İran adına tamamiyyət ərzi qorunanlar tərəfindən olur. Yəni farslardan, mərkəzgəra qüvvələrdirlər ki, ittifaqən federalizmə qarşı savaşırlar, mübarizə edirlər, bəhsi boykot edirlər və istəmirlər ki, bu qonu açılsın. Çünki bayaq ərz olundu xidmətinizə. Federalizmin açılması müstəqim rabitəsi var İranda neçə millətin olmağına. Onun qəbul etmək zorunda qalırsan. Əgər sən federalizm bəhsini açırsan, neçə millətin olmağını qəbul edirsən, onların millətin parametrlərini qəbul etməlisən. Özəl dili var, özəl etniki var, özəl coğrafiyası var. Bunlardan qaynaqlanan bu millətin dolayısıyla haqqı var, sərnişin təyin etsin. Federalizmə inanan onda onu da qəbul edir. Onda qəbul etməlidir. Bu həqiqətən sərnişin modeli daxilisi federalizmdir, xaricisi istiqlaldır. Onu da qəbul etməlisən. Çünki istəmirlər ora çata, Fars opozisyonu və Fars toplumu dibdən baltanı vururlar, xeyr. İranda federalizm ola bilməz. Çünki biz bir millətik. Millət-i İran. Dilimiz nədir? Müştərək Farsi. Qutuldu getdi. Coğrafiyamız da nədir? İran coğrafiyası. Necə bunu dolandıracaq? Elə həmən bu ustanidir. Ama ustanlara biraz daha çok ixtiyarat veririk. Mənatiqə vicə düzəldərik filan. Yəni sizdən buraya gəlmiş satırına Mətin Səfəri. Bəlkə federalizmin əsas müxalifi istiqlalçı qüvvələr deyil. Ya o biri qüvvələr deyil. İttifaqən fəqət və fəqət Fars toplumuna bağlı olan həm toplumun özü, həm siyasi qüvvələrdir. İndi bunu içəridə danışdıq. Yəni İran toplumları, topluluqları içərisində, millətləri içərisində. Bölgədə danışsaq, beynəlmiləl səviyyədə danışsaq kimlər federalizmdən, ya hansı qüvvələr federalizmdən müxalif olanlar İranda? Cavab suallar bu. Müsəlləmən İranı qidalanan ölkələr müxalif olarlar. Rusiya, Çin başda olaraq. İranın bu şəkildə olması dolayısıyla nəflərinə olan süper güclər, Amerika daxil, Avropa daxil, müxalif olarlar. Çünki federalizmin qurulması demokratizasyona bir addım qabağa getmək. Dolayısıyla istismarın və istemarın o ölkədə az olmağı deməkdir. Az olursa bir ölkənin istemara qarşı getməsi, yəni daha demokratik olursa, oranı sən somurmağın daha çətin olacaqdır. Daha çətin onun mənabeyin müftə əlindən çəkə biləcəksən. Təbii süper güclər buna müxalif olacaqlar. Və ölkəm, yəni Orta Doğuda bəlkə bizim həmmərzlərimiz, yəni mən ərəbləri qəsd edirəm. Şayət ərəblər biraz müvafiq olar, Azərbaycanla Türkiyə müvafiq olar başqa. Sanmıram da ayrı bir ölkə xas bu şəraitdə müvafiq ola bilər. Hətta qarşı olarlar, yəni müvafiq çekiş müxalif olarlar məsələyə. Gözəl. Federalizm bir siyasi, uluslararası və hüquqi bir milli hak mıdır, yoxsa bir idarə sisteminin seçimi və davtələbanədir? Bir idarə sisteminin, yəni o ölkənin idarə sistemidir. Haqq olaraq da haqq sayıla bilər, amma haqq qaynaqlanır o öz müqəddəratını təyin etməkdən. Yəni əgər millət onu seçsə, millətin haqqı var ki, onu da seçsin. Və müstəqim bir haqq deyil, yəni idarə sistemi idari məmləkətdir. Santralist ola bilər, federalist ola bilər və s. Bu da bir idarə sistemlərindən birisidir. Tamam. Son sualımız bu bölümdə. Yox, bir dana da iki dana qalır. Federalizmə yer olmazsa, yoxsa federalizm mümkün olmazsa, istiqlala necə yanaşırsınız? Bayaqdan tamam cümlələrində ərz eləmişəm.
Sevə-sevə. Yəni bizim qayə və nəhai hədəfimiz də zaten oradır. Biz fəqət millətin əlində olan zehni alternativləri almaq istəyirik. Və bu alternativlərin boş olmağını sübuta çatdırmalıyıq. Bir fərz məhal da qoymuşuq, bəlkə bizə sabit oldu ki, bunlar boş deyilmiş, ola biləcək. Amma onun nə qədər ola biləcək ehtimalını da dəfələrcə danışdıq da bu söhbətlərin içində. Çox sağ olun. İstiqlalçılara necə yanaşırsınız? Sizin təşkilat Məhəbbətlə və sevə-sevə. Biz rəqib özümüz istiqlalçıyıq. görürsünüz, düşmən görürsünüz, yoldaş görürsünüz, yoxsa hətta özünüzdən öndə görürsünüz? Gənə də ərz edirəm, mən özümüzü ayıra bilmərəm. Yəni biz özümüz də istiqlalçı olaraq altın cızaraq. İndi bu kateqoriya haqqı təyin sərnişçisi doğru kateqori ola bilər, bəli, özünə aid müzəzza bir kateqori deyil məncə. Bəli, federalistləri bir kateqorida qoymaq ola bilər. Çünki federalist dediyimizdə o alternativi daha həqiqi, daha verimli və daha vaqei bulur ta istiqlal. İstiqlalçı dediyimizdə istiqlalı daha verimli, daha əlverişli, daha rahat ələ çata bilir. Haqqı təyin sərnişin dediyimizdə biz cəbhəyə düşünürük ki, bu cəbhənin içində həm federalist eləyə bilər olsun, həm istiqlalçı. Yəni hamılıqsa bəli, biz fərqli düşüncələrdə çıxış yolu olaraq olsaq da, buna etiqadımız var ki, nəhayət o sandığı qoyacağıq. O sandığı qoymaq üçün gəlin daha çox savaşaq. Çünki o sandıq qərar olsa qoyula, biz istəyimizə yetişmişik də, ondan sonrası hamı rahatdır. Və oraya daha mütəmərkiz gedək qabağa. Yəni onun üçün mən xas bir müzəzza kateqori kimi baxmıram icazənizdə. Biz özümüz istiqlalçı bilirik. Onun üçün o bir istiqlalçılara yəni bir yoldaş təşkilatda nə deyək, yol bircə gedirik. Hakeza federalistlər də elədir. Yəni bütün milli hərəkətin içində olan bütün nəhlələr, bütün fikirlər hamısı birinə yoldaşdır. O gün mən ərz eləmişdim, yəni suala baxaraq ki, biz rəqib ola bilərik. Gənə də deyirəm, rəqabət də ola bilər. Sazəndə rəqabət gərək olsun. Əslən bir yerdə rəqabət olmasa, orada kəlməsi təəffundur, orada durğunluq ola bilər. Olmaz bir yerdə rəqabət olmasın. Mən gərək bir o bir istiqlalçı təşkilatdan rəqabətdə olam. Misal üçün, o gün bir təşkilatdan ad aparıb buyurdunuz, manifesti 100 səfərdə, bu məndə imrənmək yaradır ki, mən də gedim öyrənim, mən də daha çox izahat gətirib, məndə də onun kimin olub. Yaxud bizdə misal üçün media bölümündə daha güclülük var. O bir təşkilatda düşünürlər, mən də gedim olar. Bu pis bir zət deyil. Dolayısıyla nəhayətdə millətimiz faydalanacaq. Bəli, bu rəqabət heç halətdə düşmanlıq anlamında ola bilməz, olmamalı, qəti şəkildə olmamalı. Yəni, məsələn, düşman bir dənədir, vahid İran hakimiyyəti. Sağ olun. Mən əslində istiqlalçılardan buradan danışmışam, hamısı deyiblər ki, hətta federalistlər istiqlalın yarı yoludur. Yəni onlar deyirlər ki, biz yarı yoldan onlarla bərabərik. Yəni nədən ki federalçılara müxalif olaq. İndi keçirik yavaş-yavaş biraz bəhslərə. Əməli bəhslərə. Yəni çox zehnimiz getsin o əməlli tərəfə, amma vətəni bir də danışmışdıq əlbəttə keçən gün, ya o birisi keçən gün danışmışdıq, amma bu günlərdə biraz danışaq onu, sonra keçək vətəndaşlıq və vətəndaşlıq haqlarını. Vətən nədir, haradır? Gənə də ərz edirəm, ola bilər bəzi yoldaşlara bu qulaq asacaqlar üçün sorular bir təkrarlamaq kimi olsun. Vətən, mən fikirəm bu təbiri işlətmişdim ki, bir insanın ona can verdiyi torpaq adı olur vətən. Əgər bir torpağa siz o qədər bağlılığınız var ki, ruhən və mənəvən, hətta ən uzaq yerlərindəki olan sınırı qorumaq üçün hazırsınız canınızdan keçərsiniz, ora sizin vətəniniz tanıdır. Bu vətən ola bilər sizin siyasi vətəninizlə üst-üstə düşsün, ya siyasi vətəninizlə üst-üstə düşməsin. Misal üçün, biz indi Güney Azər, biz İranlıyıq, o gün danışıqda, pasport olaraq, şinaslama olaraq, ölkəmiz İran, siyasi vətən. Ölkə İrandır. Bəli, bizim vətənimiz Güney Azərbaycan. Mən özümə Güney Azərbaycanı vətən bilirəm. Güney Azərbaycanın hər bir yerinə ölməyə hazır ola bilərəm, savaşıram, sınırın qoruram. Bəli, İrana yox. Fərq buradan bəlli olur. Vətən, tərifə baxdım, hətta fikirəm, İngiliscədə biri homeland olur, biri country olur. Yəni, fərqləri var hətta o ədəbiyyatda. Sərzəmin-i madəri, ana yurt dediyimizdə, ora vətən sayılır. Və bizim vətənimiz də Azərbaycan, təbii, amma Güney Azərbaycan daha spesifik adlandırsaq ki, indi İran içində yetişib, oraya biz vətən baxırıq. Hələ
Və genəldə təbii ki, Azərbaycan bizim vətənimiz sayılır. Türk dünyasını vətən bilir misiniz? Təbii ki, Türk dünyası da bir vətən sayıla bilər və bu mən bilirsiniz, vətən səbəbi o birinci danışıqda da ərz elədim. Bəzi baxışlarımız var, hala mən şəxsi özüm olaraq və təşkilatın da bir bölümündə ki, bu baxışlar şayad daha çox formalaşmağa ehtiyacı var, paylaşılması üçün, çünki bədilləri bəlkə indiyəcə hətta yoxdur. Misal üçün, bizim türklüğə soy kimin baxışımız var və bu soyu terminolojik olaraq şayad o qədər biz görə bilmirik dünyanın referenslərində və qaynaqlarında. Bəli, biz özümüz, misal üçün, Türkiyə soy kimin baxırıq. Yəni, millətin özündən bir paya üstün olaraq hətta. Soya gəldiyimizdə qandaşlıq mənəni tapır, qan bağlantıları mənəni tapır. Bu çox böyük bir, nicad olaraq ağ, qara, sarı və türklük. Buyurduğunuz bu tərifə gəldiyimizdə, onda vətən neçə mərhələli olur, neçə pilləli olur. Yəni, onda mən bir vətənim olur Cüni Azərbaycan kimi, bir vətənim olur Azərbaycan kimi, bir vətənim olur Türk dünyası kimi. Onun üçün hətta Türkiyədə görürsünüz bir partlayış olur, mən sızlayıram. Türkiyənin torpağını qorumaq mənim də qorumağım kimi gəlir. Azərbaycan ki, öz vətənimdir. Hətta Uyğur türklərin sorunları mənə sorun olur. Bir zaman savaş düşsə, şayad hər birimizin ürəyimizdən keçir, orada da belə gedər savaşaq. Bəli, Türk dünyası da bir növ bizə vətən sayılır. Və o da dəqiqən o sorun olduğundan gəlir. Çünki biz inanırıq ki, həm nicadıq. Nicadın olduğu o yer də növ sənin vətənin sayıla bilər. Biraz daha çox deyirəm, bu formalaşmağa gələcəyə ehtiyacı vardır. Gözəl. İran və farslar vətən anlamın, sərhədlərin qarmaqarışıq etmişlər. Sərhədləri də ha belə. Hədəfləri nədir bu qarmaqarışıqda? Bu terminləri qarmaqarışıq etdikdən mənzuruz. Yəni vətən filan. Bu terminləri qarmaqarışıq ediblər. Məsələn, vətən Azərbaycandan çıxıbdır. Bəzi adamlar, məsələn, mənim yadıma gəlir, deyir ki, əvvəl mən İranlıyam, sonra Azərbaycanlıyam. Yəni, belə bir qarmaqarışıqlıq var. Sonra da vətəni, məsələn, Tehranda, ya Şirazda, ya İsfahanda iki türk, bir dana fars, iki fars, bir türk savaşsa, məsələn, o türkün yanında durmur. Deyir, mən haqqın yanındayım. Yəni, əvəzin ki, deyir, mən həm vətənimin yanındayım, vətəndaşımın yanında, deyir, mən haqqın yanındayım. Haqqı nədir kəşf edəcək? Mən orada qalmışam ki, haqqı nədir kəşf edəcək? Bu sonra onun yanında duram. Burası da var. Amma indi bu torpağın özündə buranı veriblər ora, oranı veriblər bura, burada bir Kürdistan yaradıblar, orada bir şey yaradıblar, burada bir şey yaradıblar. Yəni, o xanım, bir dənə xanım var, videoda deyir ki, 2016-ya can 4 ustan var, 4 məmləkət vardı. 2016-dan 50-yə can 10 elirlər. 2050-dən düzüsü gəlir ta 96-ya can deyir, məsələn, 31 ustana çeviriblər. Bu, yəni bu ki, vətəni qarmaqarışıq ediblər fiziksel, yəni torpaq olaraq bunu qatışdırıblar. Kürdü Türkün canına, Türkü Kürdün canına, Ərəbi bunların canına, o birisinin canına salıblar hamısını. Bu qarmaqarışıq yaratmaqlar həm termin olaraq, söz olaraq, qavram olaraq, həm də coğrafisel olaraq hədəfləri nədir? Ondan öncə bu kommentlər gəlir, bəziləri çox iyi gedir üstə, bəzilərini oxuyabilir. Misal üçün, bu sona baxıram, ölkəmiz də, vətənimiz də Azərbaycandır. Bu doğru sözdür. Şayad bizim keçmiş günlərimizdə olan bəzi bəhsləri yoldaşlar diqqət etsələr daha aydınlaşa bilər. Ölkəmiz siyasi anlamda. Mən Azərbaycan pasportu yoxumdur. Azərbaycan Cumhuriyyətinin, mən Türkiyə pasportum yoxumdur. Siyasi anlamda siz orada hətta içəridə yaşasaz Təbrizdə, siz ölkəz İrandır, İran pasportunuz var. Hüquq açısından və siyasi açıdan inandığınız və sonra qurula biləcək dövlət, ölkə olar Cüni Azərbaycan, onun vətəndaşı olaraq. İndiki sevdiyiniz ölkə Azərbaycan ola bilər, çox gözəl. Vətəniniz Cüni Azərbaycan və Azərbaycandır, o da doğru. Və siyasi anlamda da o ölkə İran, yəni bu siyasi açıdandır, siyasi söhbətlərdir burada ərz etməkdir. Hətta hüquqi də o cürdür. Çünki, məsələn, Türkiyədə əl-an, məsələn, bu İranları deport eləmək, çünki dünəmki amara görə 3000 İranlıların orada dünyada ən çox İranlılar ki, zindandadır zahirən, özləri deyirlər ki, Türkiyədədir.
Bunu göstərir ki, Türkiyə naəm hiss edir özünü İranlılar tərəfindən. Bunları tutur göndərir. Məsələn, bizim Azərbaycanın siyasi fəallarımızı belə tutub göndərir ki, siz İranlısınız. Yəni pasportunuz İranlıdır. Doğru. Bəlkə bizim Suala gəl. Güney Azərbaycan pasportumuz olsaydı, Azərbaycan pasportumuz olsaydı, yəni orada bu Tabii haqqımız ki. olsaydı ki, Azərbaycan pasportunu daşıyaq, başımızın yaşı Türkiyədə fərqli olur. Bəli, əlbəttə bu siyasi termindir, yəni hüquq açısından. Amma niyə bu terminləri qarmaqarışıq eləyir? Çünki fikrən dünən söhbət elədik ya irəli gün bu vətən bəhsində ki, onun terminində qayda terminoloji açıdan millətin tərifinə. Bizim təklifimiz bəllidir. Mən Azərbaycan türküyəm, etnikim türkdür, etnosum Qarabağlıdır. Dilim bəllidir, etnikimdən gəldiyi türk. Kültürüm, tarixim, keçmişim bəllidir. Bu da 3-cü parametr. Və coğrafiyam da müşəxxəsdir. Bu da mənim vətənim olaraq. 4 parametrim var. Millətəm, Azərbaycan türk milləti. Taleyimi təyin etmək haqqım qazanılır və s. Mübarizə ilə gedir. Mərkəzdə yaşayan fars toplumuna gəldiyimizdə bu sorun var ki, onların danışdıqda, bunları da yoldaşlar kəsib paylaşacaqlar. Sorunlar var hər 4 parametrdə. Dilə gəldiyimizdə sorun yaşayır. Etnikə gəldiyimizdə sorun yaşayırlar. Kültürə, tarixə, keçmişə gəldiyində sorun yaşayırlar. Bu 3 sorunu və coğrafiyaları da bəlli deyil. Ya gələk qəbul edirlər ki, bu parametrlərə dayalı bunlar millət deyirlər. Millət olmasalar da dövlətdə bunların əllərinin olmağı bir növ ilə kəsilməlidir. Gücü amma saxlamaq istəyirlər. Vaxtı saxlamaq istəyirlər, məcburdular. Bu 4 dənəyə bədil qoyarlar. Dil, fars, dilim farsıdır. Etnikim də fars etniyinə qayıdır. Xaxaməlik, ariyayam. İkisini çözür. Kültürüm nə mənədir? Elə mənim sazım bütün millətlərdən ayrı deyə bunlar mənimdir. Amma ən başda gedəni coğrafiya yaradır. Coğrafiya ki, içəridə yarada bilməz. Desə mənim coğrafiyam, yazı, kirman filan bunlardan ibarətdir. Da onda nə cür Azərbaycanı talasın? Nə cür ərəbləri talasın? Onun üçün məcburdur İranı özünə coğrafiya seçsin. Və orada gəl bu qarmaqarışlığı yaradır. Deyir, İran mənim coğrafiyamdır. Hansı etnikin? Fars etnikin. Axı içindəki olan türklər nəcür oldu? Burada üçün təarruz verir, bu mütəariz terminə yaranır. Misal üçün Pezeşkiyanın biz statlarında görürük. Həm Azərbaycanlıyam, həm İranlıyam. Ona bilməzsin. Termin açısından ola bilməzsən. Azərbaycan coğrafiyası, İran coğrafiyası içində olmuş olsa da, millət anlayışı ilə bunlar üst-üstə düşmürlər. Yəni, sən deyə bilməzsən, mən Türkəm, Azərbaycan türküyəm millət olaraq və İranlıyam, İran milləti olaraq. İki millət bir yerdə olması İran hakimiyyətinin indiki formatında mümkünsüzdür. İran verdiği millət tərifi liberal nasyonalizmdir, şəhərvən mihvərrixdir. Bizim verdiyimiz tərif etnikə dayalı etnonasyonalizmdir. Qaldığımız zülm nə mənədir? Fars nasyonalizmidir, yenə etnonasyonalizmdir. Bunların hamısının qarmaqarışıqlığın yaratmağının səbəbi, hörmətli Səfəli bəy, su bulanıq olsun, heç zat şəffaf olmasın, hamı ilə bir əzibən və mənmeyd, qondarma terminlər əsasında bəhs eləsin ki, orada üstə otursun, işin yürütsün. Dəqiqən ona görədir. Misal üçün, bu Azəri və Türk bəhsi bitmir. Bitməyəcək də tabi hakimiyyət var. Çünki hey qarxacaq, mən Türkəm deyəcək, biraz həyəcan ümumi azalacaq, yenəcək aşağı, yenə Azəri olacaq. Həyəcan ümumi aşağıda antropisi çoxaldı, təzdən ağa gəlin görək, mən siz Türksüz ya Azərisiz. Və tamamı o birilər də elə bunun kimi. Sözü yekunlaşdırın, mənfəətləri və çıxarları bundadır, bu terminlər bəhs olunmaz. Çünki olunursa, millətlərin haqlarının verilməsi bəhs oluna biləcək məqamdır ki, onların istəkləri bunun üstündən düşür. Vətəni kim tərif edir? Dövlət tərif edir, hakimiyyət tərif edir, ustad danışqahlar tərif edirlər, qanun tərif edir, siz tərif edirsiniz, partilər yenə tərif edir, mən tərif edirəm, yəni bireylər tərif edir. Kim tərif edir vətəni? Əslində baxsaq, vətənin tərifi fərdən fərdə ola bilər, fərq eləsin və hər fərdə mühit özünü nə cür fərz eləyir, o cür fərz eləsin. Yəni, əgər bir nəfər Təbrizdə yaşayır və deyir ki, mən Azəriyəm, dolayısıyla dilim də Azəri dilidir, kültürüm də Həxamənişdən gələndir,
və dolayısıyla vətənimi də İran bilirəm. Mən haqq olaraq deyə bilmərəm sən elə düşünmə. Onun haqqıdır ki, elə düşünsün. Mən nəhayət deyə bilərəm ki, o yanlış düşünür. Yəni vətəni hər şəxs özü tərif edə bilər. Haranı vətən tanıyır. Və heç kəs də məncə deyə bilməz ki, sən yanlış edirsən. Ancaq hər şəxs tərif etdiyi vətənin də hüququn alır və onun haqqı, onun muridində də hüquqların ödəyir. Əgər sən özün İranlı bilirsənsə, Azəri bilirsənsə, Azəri dilinə mənsub bilirsənsə, o əsasda da sənin yaşayışın tərif olunacaqdır. O istiqamətdə haqları əldə edəcəksən. Özün vətənin Güney Azərbaycan bilsən, o haqları əldə edəcəksən. Sözü istəyirəm, bir model yekunlaşdıran kimi nəticəyə vara biləm. Hörmətin Səfəri bəy, hər bir bireyin haqqı var vətənin özünə tərif etsin. Mən də haqqım var ki, deyəm, sənin tərif elədiğin vətən doğru vətən sayılmır. Bu dəlillərə görə. Məncə sən yanlış edirsən. Amma bu ki, kim daha doğru deyir, kim daha yanlış deyir, şayət heç kəs eləyə bilməz qəzabət etsin. Daha mən bu cür desəm daha doğru ola bilər düşüncəsindəyim. Sonunda biz bir daha vətəndən bir milli düşüncə yaratmalıyıq. Onu kim tərif edir? Millətin çoxunluğu vaqiyyətinə baxırıqsa, yəni mən tərifimi verirəm vətəndən, siz bunu qəbul edirsiniz, qıraqdakı qəbul edir, o qəbul edir, çoxunluq bu vətəni vətən kimi qəbul edir. Bu çoxunluğun səsinin əsasında demokrasi əsas çərçivələrinin içində qabağa gedir. Və onun üçün də bir zaman bəlkə də gəldi. Bəzi məhaldır, vəli bir məhali bəlkə yarandı. 500 ildən sonra Güney Azərbaycan dövlətində millətdə bu babər yarandı ki, bizim vətənimiz bura olmamalıdır. Biraz geniş olmalıdır, ya kiçik olmalıdır. O zaman yenə də o vətən onlara tərif olunan yeni formatında olacaq. Dostlarımızdan biri Arif Öztürk adında bir gözəl, mənim əslində düşüncəmdir belə, ona görə oxuyuram bunu. Yazıb ki, coğrafiyayı və millətləri qarışdırmasının səbəbi torpaq birliyini, millətlər birliyini məhv etmək üçün və millətləri bir-birlərin qarşıya qoymaqdır. Yəni gözəl bir şeydir ki, illəti budur ki, millətlər özünün ki, siz buyurduğunuz doğru, amma mənim nəzərimə ki, bu tərif daha doğrudur ki, istir millətlər bir-birini qarşı qalsın ki, o deyirlər ha, həfrəqə bəndaz farsça deyirlər, hükümət kon. Millətlərin arasında ixtilaf salsın ki, eləyə bilsin. Gözəl, Arif bəy, təşəkkür edirəm. Var olun. Tamam. Siz vətəni tərif eləmişdiniz. Sizin vətəndən olan tərifiniz hangi əsaslara? Bunu da keçən dəfə tərif eləmişdiniz. Fikir eləmə ehtiyacı yoxdur. Bunu da gələk. Vətənin sərhədlərini də buyurmuşdunuz. O da gözəl. Vətənin vətənsizləşdirmək siyasəti haqda nə düşünürsünüz? Yəni, yenə qeyd o sözü ki, üstə dedik, Arif bəy də ona yazmışdı. O sualı beləsi təriflədik. Yəni, əsən bu qavramı əvvəl danışaq. Vətəni vətənsizləşdirmək, dili dilsizləşdirmək, insanı insansızlaşdırmaq, türkü türksizləşdirmək, Azərbaycancını Azərbaycansızlaşdırmaq termini yəni nə mənə? Hörmətli Arif bəyin sözünə qayıdım. Çox gözəl buyururlar. Siz də gözəl buyurursunuz. Məncə təbii ki, bu əsas səbəblərdən birisidir bu fikirlərin qarışdırmaqdan. Və daha ondan üstünlüyü mən bayaq söhbətlərimdə də ərz elədim. Buna verirəm ki, bu qargaşa yaratmağın əsas niyyət və hədəf hər millətin öz içində qarmaşa yaratmaqdır. Millətləri qabağa qoymaq öz yerində. Təfrəqə bəndaz hökumət öz yerində. Və əsas amac və səbəb bir millətin öz içində ixtilaf yaratmaq. Və özəl olaraq Güney Azərbaycan türklərini mən qəsd edirəm. 30 milyon, 40 milyon nəfərdən biz söhbət edirik. İranın çoxunluğundan söhbət edirik. Azəri-türk dediyimizdə mən Azəri-türkü farsla, kürdlə filanla bəhsim yox. Millətin öz içində bu savaşın daha gedilməsini istəyirlər olar. Bu ki, biz qalaq və bunu bilməyək ki, Azəriyik ya türk. Biz birinci gün danışdıq. Bir etnik millət olduğuna varırsa,
siz də gözəl demişdiniz, iradi cəmiyyə və iradi milliyə yetişər. Və o iradi milli öz siyasi haqlarını əldə etməsi üçün savaşır. Onun üçün bütün dövlətlər, çoxmillətli dövlətlər ki, onlardan başında olan da birisi İran hakimiyyətidir, tamamı hədəfin buna qoyur. O millətin özü o iradi cəmiyyəyə çatmıyor. O iradi milliyə çatmıyor. Nə cür çatmaz? Millət olduğunu bilmir. Vətəni vətənsizləşdirmək dəqiqən budur. Öz iradəsini bilmir, özünün millət olduğunu bilmir. Onun üçün bəhs salınır, sən Azərisən ya Türksən. Etnik olaraq. Mən Türk olsam Türkiyəyəm, Azəri olsam Matdardan, Həxamənişdən gəlirsən. Millət özü ilə bəhs eləyir. İki yerə bölünür. Birləşə bilmir bu vaqiyyət üstündə. Yəni mən deyəndə Türkiyəm, Farsdan qabaq o Azəri özün bildiğin qabağımda durur. Sonra gəlir dilə yetişir, dilin türksə, yoxsa Azəricə, həman bəsat. Tarixə gəlirsə, deyirəm mənim Sulduz 7050 Həsənli təpəmdir, yoxsa Kuruş. Millət özü ilə çatışmada olur və coğrafiyamızı böldürmək, həman vətəni vətənsizləşdirmək. Coğrafiyamı bölür, adını Azərbaycanın adının üstündən götürür, eləyir Qəzvin. Və mən öz türkümlə, Güney Azərbaycan türkümlə gələ savaşam ki, onu qane edəm ki, sən Azərbaycanlısan. Fars ortada yox, Kürd ortada yox, özümlə savaşdırmaqdayım. Onun üçün məncə əsas məqam, əsas hədəf bu terminləri qarışdırmaqda Güney Azərbaycan türkünü özü ilə məşğul etməkdir. Coğrafiyamızı bölmək, özümüzlə məşğul etməkdir. Necə ki, məşğuluq. Necə ki, Qəzvinlilərlə biz indi gələk danışaq. Siz Güney Azərbaycanlısınız, ha? Azərbaycanlısınız, ha? Həmədanlı ilə gələk mən danışam. Zəncanlı ilə gələk belə hətta danışam. Qum Ustana mərkəzi qalsın ki, onlarda hələ işimiz daha çətindir. Dəqiqən vətəni vətənsizləşdirmək sizin iradi millinizi əlinizdən almaq anlamındadır. Və o əsasda bu terminlərin qarmaşasına biz şahid oluruq. Öz millətimiz içində. Təbii ki, millətləri qarşı durmaq da yəni o da amaclarından birisi ola bilər və məncə bu daha üstünlük daşıyır məqamda. Gözəl, var olun. Gözəl. Xüsusən misallar ki, vurdunuz. Ustanlar ki, Azərbaycandırlar, amma hətta bizim çoxumuz Azərbaycan saymırıq. Və bizim içimizdə bəhs edir. Yəni, nə tək ki, mümkündür Zəncanlı ilə bəhs edir. Bəlkə Təbrizdə elə bəhs edir ki, Zəncan Azərbaycandır ya yox. Qəzvin Azərbaycandır, Həmədan Azərbaycandır, Ərak Azərbaycandır, Qum Azərbaycandır, Tehran Azərbaycandır. Yox, bunu bəhs edir. Mən cəlibdir, sizin bu videonu göndərmişdim, bir Azərbaycan bir profesör var ona. O mənə hesabı həmdə elədi ki, sən niyə Qəşqayını deyirsən ki, başqa millət kimi göndərirsən, orada görsədirsən. Qəşqayı Azərbaycanın bir parçasıdır. Yəni, baxın, mən burada özümə bir şey yazdım. Baxın, mən də bu cür bilirəm, amma torpaq qırıqlığı mən həll eləyəmirəm. Çünki siz buyurdunuz ha, zehnidən çıxadıblar və bu torpaq bir zaman yapışdırılmış bir-birinə. Amma indi mən bunu görürəm, yəni vəsətə adam getirdiblər. Eyni buna bənzər bir sabahlar Kürdistan, məsələn, Kürtləri gətirib yerləşdirdilər. Məsələn, 20 ildən sonra adamlar deyirlər, orada Kürdistandır da, Kürtlər orada yaşırlar. Yəni, indi qalcıdan denəcək o tərəflə, yəni, çox cəlib. Sağ olun, o misallar mənim özümün zehnimi açdı. Vətəni keçən yüzildə dəfələrcə bölüblər. Vətənin adın üstündən götürüblər. Misallarını da vurdunuz siz. Vətənin duyğusun belə, o vətənə olan duyğunu, vətəndaşa olan duyğunu üstündən götürüblər. Vətənin üstündən götürməyə çalışıblar hətta. Yəni, kitablarda, nağıllarda, televizyonlarda. Sizin təşkilat bu konuya necə yaxınlaşır? Bayaq ərzələdiyim söhbətin dərimizin istiqamətindədir. Birinci bəri başdan, hörmətinizə Fəli bəy, bayaq da gözəl buyurdunuz. Milli hərəkətdə biz bir çox qonular və sahələrdə xudsansur edək. Dünən bir bölümünə işarə eləmişdik ki, mütəəssifən, yəni o qədər bu söhbətlər danışmışıq, hamımızı təkrarlanır. Çox biz alışırıq assimilasyona. Assimilasyona alışıq olduğumuz əsasda da çox rahat öz haqlarımızdan vaz keçməyə hazırıq. Yəni təbii olub bizə, təbii görürük. Təbii, doğal görürük. İlinasyon görürük, yəni ilinasyon görürük. Məsələn, təbii görürük, deyirik, belə olar. Onu demək istəyirsiniz.
Dəqiqən elədir. Bizə çox doğal kimi görünür bu məsələ. Və bunları diqqət alaraq özün hər bir sahədə göstərdiyi yaşayışımızda siyasi fəallarımızın içində də göstərir. Nümunəsi də bir örnəyi, dünən danışıq filan zat, böyük bir nümunəsi ilə bu torpaq bəhsidir. Biz çox rahat torpaqlarımızdan vaz keçib, onlardan danışmağı özümüzə suç bilib, aman da danışaraq bizim qonşumuzdakı olan toplumlara, çoxunluqlara ya millətlərə pis gələr deyə deyirik. Sınandaşı biz öz torpağımız bilirik. Güney Azərbaycan torpağı bilirik. Və mənim vəzifəm bir siyasi təşkilat olaraq, bir siyasi fəal olaraq bunu ucadan deməkdir. Mənim adi insanım bunu deyə bilməz bəlkə. Mənim adi insanım şayad bunu deməyə biraz çəkinsin. Amma mənim və digər siyasi fəalların vəzifəsi bunları açıq desinlər. Torpağa gəlincə, bayaq siz buyurdunuz. Bunları ki bölürlər, hədəf bəllidir. Azərbaycanın kiçildirəm, gətirmişəm şərqi qərbiyə də yendirmişəm. Azərbaycanın ərazisini kiçiltmək sirfən fəqət coğrafiyamızı bölmək deyil ki, onları böldükcə Azərbaycan adını götürürlər, onların üstündə yaşayanları türkdən xaric edirlər, bunlar türk deyirlər, sonra assimilyasiyona məruz qoyurlar. Nəhayətə gəlib çatdılar şərqi qərbi Azərbaycan toplam patlasa ikizində 5 milyon nəfər İranda türk var. Ərdəbili də yavaş-yavaş bu sıradan çıxardılar, elə bir bölümdə Şumallılar, Talişlər filanlardılar. Türklər 5 milyon nəfərdir ancaq İranda. Hədəf bundan ibarətdir. Bunun qarşısında biz nə etmişik, nə edə bilərik? Tarixi ərazimizi lağəqəl dilimizlə deyək. Hörmət İnsaf Əli bəy, ağa, Sinandaş Güney Azərbaycan torpağıdır. Mən siyasi təşkilat olaraq bunu dediyimdə siyasi fəallar Güney Azərbaycandan mənim özümə həmləyə keçirlər. 10 ilə yaxındır biz bunu dediyimizdə bizim yoldaşlarımızdan Sinandaşda gedib duvar yazmalar yazmışlar. Hələ də paylaşılır. Təbrizdə də yazmışlar ki, Sinandaş türk torpağıdır. Sinandaş Güney Azərbaycandır. Və biz Kürddən çox biz öz fəallarımıza cavabdeh olurduq. Aman indi deməyin, qarşı durma yaratmayın. Da onlar əlimizdən keçib əldə olanları saxlayaq. Əldə olanı saxla, o başqa məsələ. Bəli, torpağın deməlisən harası olduğu. Da mənə siyasi fəal bunu deməyəm, mənə siyasi təşkilat bunu deməyəm, qərardır kim desin. Oldu dünənki söhbətimiz, hörmətli İnsaf Əli bəy. Mən qərar deyək xudsansur eləyəm. Mən olduğumu deyəcəm, gedərik sabah savaşda, bəlkə heç urumunu da əldən verdim. O ayrı məsələ. Bəli də mən gələk indidən dediyimi deyəm mənim mərzim buradır. Bunun üçün savaşacağım. Yox ki, onlar mərzimi idi, boş verək, onları da danışmayaq. Elə biz gələ hələ feyrənlərə, Mahabatı da hələ orada da pişəvəri vermişdi Kürdlərə, Mahabatın üstündən danışaq. Biz onlardan birisi deyilik, yox. Onun üçün xəritəmizi də yaymışıq, arxasında da varıq, Ərəka qədər Güney Azərbaycan bilirik, yaymışıq, Tehranı da bilirik, Qumu da bilirik, aşağı Həmədə, bunlar bizim torpaqlarımızdır. Torpaqlarımızın üstündə də müzakirə etmərik, yeri gəlsə savaşarıq. Müzakirəsini də tapşırıq bizdən müzakirə edənlərə şivəsini. Sözü yekunlaşdırıb, yəni biz bu xodsansoridən əl çəkməliyik. Xodsansoridən böyük dərd yoxdur. Öyrənməliyik, rəqibimizlərdən öyrənməliyik, Kürdlərdən öyrənməliyik, Farslardan öyrənməliyik. Aha, hansı Fars var gəlsin desin ki, xeyr, Zəncan Farsistan deyil. Əllərinə gəldiksə, az qahardasa Təbrizi də Fars bölgəsi göstərirlər. Kürdə gəlincə bizi rədd olub Tehrana yetişir. Tehranı da Kürdistan bilir. Nə üçün? O toxumu salır beyinlərə, vaxtında o böyük bir ağac olar deyir. Olmasa da deyir, olmur. Bizə də əldən verməmişəm ki. Amma mən əvəzin ki, gələm deyəm, Sınandaşdan rədd olum Ramhormuz o aşağılara, ərəblərin ölkəsində olan şəhərləri öhdələnəm ki, gərək eləməyək, misal olaraq ərz edirəm. Yəni, əvəzin ki, hətta mən öz inandığım sınırlardan böyük daş götürəm, öz inandığım sınırlardan da kiçildirəm. Və nəticəsi də bu olur. Yəni, düşmənlə qabağa gələr, həmləyə də keçir. Yekunlaşdırım söhbəti. Biz əlimizdən gələnlər budur. Torpaqlarımızı yayaq və deyək. Sağ olun. Cidden təşəkkür edirəm. Yəni, mən özüm də onların içindəyim ki, siz buyurduqlarınızın içində. Yəni, təəssüflə mənim zihnimdə bəzi yerlər vətən deyil. Mən pan-İrani... Mən hətta burada düz danışdım da, yəni, istəmirəm ki, film oynayam. Mənim zihnim pan-İrani zihnidir.
Mən çox yerlərə Azərbaycan bilmirəm. Çünki İran mənə nə öyrədib onu bilirəm. Yəni təəssüflə beyni yıxamaq budur. Yəni mən indi 3 il, 4 ildir 2019-dan beyin yıxamaq terrorizminin üstündə danışıram, çalışıram. Bəlkə yazsaq 6 kitab o haqda mətləb yazmışam. 6 kitab qədər. Çox, bəlkə də çox. Bəlkə 8 kitab olar. Amma məsələn, indi siz deyirsiniz, mən baxıram ki, mənim beynim mən yıxanıb beynim. Yəni, mən kimi istəyirəm ayırdım, özü mənə yuxu deyən. Yəni, insanlar bilirsiniz, danışmırıq. Əslində belə deyil, biz bir-birimizlə danışmırıq. Dəqiqən elədir, hörmətin Səfəli bəy. Sözlü şəkərlə kəsim. Baxın, bayaq da söhbət oldu. Siz, yəni, mənim atam, atalar, hamımızın, yəni sizlər o nəsildən gələnlərsiniz. Allahın pişəvərisi belə birinci 6 ayı, ikinci 6 ayısı ilə eyni deyildi. Pişəvəri belə aldanıldı. Pişəvəri mən əminəm. Öz adıma. Ki, indi olsaydı, bunları görsəydi, qayıtsaydı o zamana bir çox işləri şahid görməzdi. Bu təcrübə tarixini keçirilir. Önəmli olan buyurduğunuz kimi, yəni insan o dərdi bilməkdir. Vaxtı dərdi bilirsən, təbii ki, o dərmanına sarı getməlisən və çox gözəl işarə elədiniz. Biz danışmırıq. Milli hərəkət danışmır, demir. Fəzası olmur bəlkə hətta danışmağa. Acıdıcıdır ki, biz niyə gələ burada danışaq? Bilirsiniz, kaş imkanımız olan, televizyonlarımız olan. Mən mötəqəm, bizim 50 dana televizyonumuz oldu, yenə əskikdir. Mən bunu dostlarım biri məndən bir proje işləmişdi, onun üstündə dedim. Mən farsların televizyonların, radyoların adları ilə sadadım, yığdım ora. Dedim ki, bunların məsələn deyirəm, indi amar yadımda 149 dana radyo televizyonları var, hərəsi 24 saat çalışır. Mən onda bir amar çalışıyorum, 1200 saat gündə bunlar bərnamə gəlirlər, gündə 1200 saat. Yəni siz bunun qabağında məsələn Günas TV 8 saat yayırsa, Az TV'də 6 saat ya 4 saat yayır ya 5 saat yayır. Qalanı boş gedir. Yəni bizim 50 dana televizyonumuz olsa yenə azdır ki, biri ola fəqət bunu danışır. Ya bizim torpaqlarımız nədir? Tarixçi gətirər, coğrafiyaçı gətirər, ustad danışqah gətirər, düşünür gətirər. Biz danışmırıq. Əslində bir qrup içində danışırıq. Yəni burası var. Məsələn mən bu sözü sizdən bu sözü eşitməmişdim. Mən heç kəsdən eşitməmişdim. Bu qədər şeydə deyək ki, mən də deyəm ki, mənə bir mıstalına bu beynədir. Heç olmasa. Bir göpün də, yəni başım ağrıya bir ağrım gəlib başıma ki, olan. Bura mənim torpağım da, mən deyirəm Kürdistandır. Ya Kürdistanın filan yeridir. Yəni diqqət buyurursunuz. Mütəəssifانə yoxdur da. Yəni nə deyim mən, yəni Pəhləvilər və mollalar. İstirsiniz bir şey buyurasınız? Kamilə müvafiqəm cənabınızın Kamilə. Pəhləvilər mollalar siyasəti sonucunda, bu siyasətlərin sonucunda vətənin bir parçaların qonşulara veriblər. Bir neçə nəsildən sonra o parçalar vətən duyğusun, o parçalardan vətən duyğusu azalıb ya da vətən olmadan çıxıb. Bunların haqqında nələr düşünürsünüz? Mütəəssifانə elədir. Hörmətin Səfəli bəy, bayaq bəhslərin birində siz bir misal vurdunuz. Dəqiq misal xatırladığım amma çox gözəl idi. Sosiologidə fikirəm, bəzi qaynaqlarda mən oxumuşam, da gözüm dəyib. Ki bir hökumət 3-cü nəsil yaxud 4-cü nəsildə diktator hakimiyyətlər yəni o nəsli özlərinə bənzər elərlər. Yəni 3-cü, 4-cü nəsildən sonra da o nəslər başlayırlar hökumətin verdiyi ideolojini baz-tolid eləməyə. Eyni halda ki, düşünürlər hökumətə mübarizə edirlər, amma bilmədikləri halda həmin hökumətin gördüyü işləri görürlər. Onun üçün inqilablar məmulən 30-40-cı illərdə olur. Oldu ola diktator hakimiyyətlərdə. Olmadı təzədən bir 40 ildə gələk geçsin. Çox önəm daşıyır bu nəsillərin fərqini bilməyimiz. Biz zamanı əldən veririk. Bir dənə böyük müsbət tərəfimiz də var. Böyrümüzdə Azərbaycan var, böyrümüzdə də Türkiyə var. Onların yardımları bizə kömək edə bilər. Bu nəslimizdə olan dəyişikliklər ertələnsin ya bizim nəfimizə çevrilsin. Yəni zaman bizim əleyhimizə gedir. Bu Kürdlərin bəhsinə gələndə, özəlliklə İranın, yəni Batı Azərbaycanın misal verim, kürdləşdirilməsində. Çünki torpaqlarımız farsdan farslaşdırılır.
fərqi var. O gün də toxunuldu. Bu məsələyə mən çalışdım izahat gətirəm. Bizim Şərq Azərbaycanın doğusunda farslaşdırılır millətimiz və bunun zərəri Batı Azərbaycanda Kürdlərin yerləşdirilməyindən çoxdur. Batı Azərbaycanın durumunu biz Qarabağla müqayisə edə bilərik. Gəldilər, oturdular, bütün Azərbaycanlıları qovaladılar. Amma həmin Azərbaycanlıların özləri yaxud bir nəsil ondan sonra övladları gəldi azad elədi. Çünki o nəsl diri idi Azərbaycan türkü olaraq, övladı da Azərbaycan türkü idi. İkisinin də düşüncəsi nədir? Mənim vətənim qəsb olub. 100 il keçsə də 100-cü nəsli yenə də oraya o hissi olacaq. Bizim Batı Azərbaycanda durumumuz budur. Gəlir, torpağımı qəsb edir, amma mən də diriyəm, məndən sonradakı balalarım da diridir. Azərbaycan torpağımız qəsb olur. Savaşaram, Allahım ya hər nə. Bizim əsas dərdimiz Şərq Azərbaycandadır, Azərbaycanın doğusunda, Azərbaycanın aşağı bölüm Həmədan filanlardadır. Orada bizim torpağımız müstəqim işğal olmur. Adların dəyişdirirlər heç. Türkümüz asimilə olur, Azəri olur. O Türk, Azəri olduğunda özün Farslıdan bir rişə kimin bilir? Azərbaycandan qopur, Türklükdən qopur. Da o 100 orada yaşadığından sonra, 10 ildən sonra, 10 nəsildən sonra özün o Azərbaycanlı bilməyəcək. Mən nə qədər desəm də sən Azərbaycanlısan, deyəcək mən burada yaşamışam, atam burada yaşayıb, böyük babam burada yaşayıb, cənd dərdə cəd özümüzü burada yaşayan bilib, Azəri bilirik. Torpağın bölünməsi illa da adlarının dəyişilməsi ilə yox, insanların assimilasyona məruz qoyulması ilə da olur. Hər halda gəlin buraya çatım, biz bir məqamda, biz yerdə, hörmətli Səfəri bəy, ki, hər iki tərəfdən torpaqlarımız qırtı-qırtı azalır. Və bu azalmağının da təhcə bir dənə yolu var. Millətimizin oyanışı. Mənim indi əlan gücüm çatmır İran hakimiyyəti ilə müstəqim savaşa girəm, kürdləşdirilmək siyasətinin önünü kəsəm. Və eləyə bilərəm İran hakimiyyətinin qarşısında durmağı millətimə öyrədəm. Bu, Batı Azərbaycanın seçkilərdə, yoldaşlarla mübahisələrdə, biz demişik, biz uzun zamanlardan bəri indiyə qədər təhrimdən yana olmuşuq Batı Azərbaycanda seçkiləri, genə də varıq. Çünki eyni bu pezeşkan bəhsi. Çünki deyirik, ağa, o seçkilərlə bu məsələ çözülməz, daha ciddi çözümlər lazımdır. Batı Azərbaycanın kürdləşdirilmə siyasəti xiyabanlardan yolu keçir. Rejimə həzinənin çoxaldırılmasından keçir. Rejim qorxmalıdır oranı kürdləşdirsin. Madem qorxmursa, sandıqdan sən neynəsən də gənə o işin qabağa aparacaqdır. O zaman danışardıq. Bizim bir dənə fəqət çıxış yolumuz var. Həm kürdləşdirilmə siyasəti dayandırılsın, həm torpaqlarımızın Şərqi Azərbaycanın şərqində parçalanmasının qabağı. O da İran hakimiyyətinə mübarizədir. Madem bu hakimiyyət iş üstündədir, gənə də bizim torpaqlarımız parçalanacaq. Bu getdi yerinə, bu sistemdə elə Pəhləvi gəldi, gənə də həman gedəcəkdir qabağa. Fərq etmir. Mərkəzgərə hakimiyyətlər olunca Türk düşmanlığı olacaq, Türkün torpağı parçalanacaq və Türk asimilə olacaq. Təhsə qabağında ala biləcək gücümüz və yolumuz millətin millət olmağına inanmasıdır. İndi nə etməliyik? İndi nə etməliyik? Hörmətli İnsaf Əli bəy, danışdığımız kimi millət olduğuna inanırsa, dolayısıyla vətənin olduğuna inanır. Vətənin tərif edir. Vətənin Güney Azərbaycandır. Beynində bir xəritə olur, onun qorumağın özünə vəzifə bilir. Millət buraya çatırsa, hətta torpağı işğal olsa, onu bir gün gənə təzdən ələ gətirir. Eyni Qarabağ kimi. Vəli millət oraya çatmırsa, elə laxlayırsa, mən Azəriyəm, Türkəm, İranlıyam, haralıyam, mən İranlıyam dediyində, onun ardıca həmə cayı İran sərayı mənəst gəlir. İranlı olduğunu beynimizə yerləşdirirlərsə, onda mənim həssasiyyətim azalır. Azərbaycan şərqi olmasın, qərbi olsun. Olmasın, Mokriyan olsun. Fərqi nədir ki, hər yerə gedirəm, həmə cayı İranda sərayı mənəstdir. Bunlar hamısı bilərəkdən qurulan tuzaqlardır. Aydıncasına qurulan tuzaqlardır. Həmə cayı İran sərayı mənist. Bunu millətimi beynə yerləşdirməliyəm. Onda biləcək sərası haradır? Güney Azərbaycan. Bura xəritəsidir, qorumaq vəzifəsidir. Onu bildiğində hakimiyyət da o həzinəni boynuna almaz. Gələ mənim torpağımın adını dəyişdirir.
Necə ki, Batı Azərbaycanı illər istəyirlər, ruhani vaxtından mokriyan eləyərlər, cürət eləmirlər. Bilirlər olsa qan düşəcək. Amma o zaman cürət elədilər, Ərdəbil Şərqi Azərbaycanla ayırsınlar. Millətdə oyanış yox idi qabağında da yansın. Dolayısıyla oyanış çoxaldıqca torpaqlarımızın qorunmağı çoxalacaqdır. Vətən üçün vətəni geri almaq üçün indi əlbəttə savaşa girərsiniz. Bir, indi savaşımız nədir? İndi savaşımız nə olmalıdır? Beləsi deyim. Gənə dönürəm buna oyanış. Millətin öz millət olduğuna inanması, millətin Türk olduğuna inanması, millətin Azərbaycan vətəndaşı, yəni vətən olaraq Azərbaycanı və Güney Azərbaycanın vətən olduğuna inanması. Bunu inanırlarsa biz ən böyük savaşı qazanmışıq. Ən böyük savaş. Çünki zaten İran hakimiyyəti də bu savaşı açır. Siz qalayızın harda zəif olduğunu düşmən haraya saldırmağından bilə bilərsiniz. Vaxtı düşmən buradan saldırır, buraya girirsə, pəs dolayısıyla biz burada zəifimiz var. Pəs dolayısıyla bura bizim paşini aşilimizdir. Pəs mən buranı bağlayırsam, ayrı bir yoxdur düşmən mənə bu qalama zərbə vursun. Onun üçün önəm daşıyır. Dəqiqən buraya biz barmaq qoyub, bunu millətimizin beyninə yedirmək. 4 faktor, millət, 4 dənə unsuru var, başda gedəni də vətəndir. Güney Azərbaycan və sərhədləri və torpağımız. Savaşa girər misiniz? Sevəsə. Mən fikir edirəm ki, bunu görmürəm, amma indi əlan belə düşünürəm ki, bizim 11 partimiz var. Bunlardan ikisi danışır, ikisinin televizyonu var, ikisi de danışır. Yəni hərdən bir 10 dəqiqəlik danışır məsələn, biri də həftədən neçə saat danışır. Amma danışmalıdırlar. Yəni hər gün məncə, yəni normal budur. Məsələn, mən background'ım, yəni keçəcəyim qəzetəçilik olduğu üçün sərməqalə deyərdilər, yazardıq. Sərməqalə nədir? Sərməqalə o qazetin ya dərginin ya o partinin hər gün bir dana məsələyə, ən azından məmləkətdə keçən bir dana məsələyə görə rəsmi nəzərin deməkdir. Məsələn, mən partilərimizdə görmürəm ki, məsələn, hər gün vətəndə məsələlər çəkir. Çox, onlar. Demirəm 10 dana məqalə yazsınlar. Ən azından 10 dana, bir dana məqalə yazmalıdırlar. Xəbər yox, məqalə. Yəni öz düşünür. Biz bu xəbər oldu, nə düşünürük? Məsələn, mən bu günləri baxırdım, Pezeşiyanın gedib o şeydə Vizarət Keşvər deyirlər, onun içində bir süxəndarlıq olubdu. 3000 nəfər adam deyirlər, yığışıb orada süxəndarlıq olubdu. Orada üst-üstə millətlər görünür. Hər yerdən gəliblər ora, ya ki, aparıblar ora. Məsələn, Azərbaycanlıların şu adlarını eşitdim orada, sevindim. Amma məsələn, birinci dəfə orada 3000 nəfər vadar edirlər, durarlar, yoxsa İran oxuyarlar. Surudi milli deyil o. İran Surudi milli deyil. İranın bir dana şeyi var, Surudi millisi var. İstirlər onu aça bilərlər. 2 dəqiqəlik, 3 dəqiqəlik bir şeydir. Amma İranı orada 3000 nəfərə deyərlər, durun bunu oxuyaq, biz görsə də hələ bir millətuq. Bərayi İran məsələsi orada çıxırsınız. Buyurdusa, o orada çıxır. Yəni biz bunları görməliyik, danışmalıyıq, analiz eləməliyik. Orada nə keçir? Niyə məsələn orada, niyə o cür olur? Bunu da Obalı bəy görmüşdü. Allah səlamət eləsin. Əhməd Obalı. Dedi ki, Təbrizdə Pezeşkiyan gəlib, o Təbrizdə Bağışımalıda danışanda bir dana İran bayrağı yoxdur. Bunu mən, adam baxır, amma diqqət eləməmişdim, deməmişdim. Heç olmasa, məsələn, gözümə gəlmişim, burada İran bayrağı yoxdur. Amma bunu düşüncə olaraq Təbrizdə İran bayrağı götürməmişdilər. Amma orada hamısının ayaq üstü qalxızdılar İran bayrağının qabağında. Hamısı ayaq üstü xəbərdar durmağa məcbur qaldı, hamısı da onu oxumağa məcbur qaldı. Yəni, bilirsiniz, o beyin yıxamaq belədir. Mən beyin yıxamağın, nə bilim, 95 bölümdə fikirəm beyin yıxamağın üstündə Cinos TV-də işləmişəm. Ondan sonra da özüm işləmişəm. Məsələn, biri budur ki, sizi bir mövqeyiyyətdə qorarlar ki, özünüz dav tələbanə, gönüllü görsədərsiniz ki, mənim beynim yıxanmalıdır. Biri də odur, gedərsən bir icələsiyə, səni orada
üzə salarlar, durasınız. Məsələn, siz geçsəz kilisəyə məcbursunuz orada onlar kimi durasınız. Məsələn, Sikh kilisəsinin məbədinə geçsəz, məcbursunuz orada girəndə sizə bir böyük verəcəklər qoyasınız başınıza, bir parça verəcəklər. O nə deməkdir? Özünüzü deyirsiniz ki, mən istəyirəm həmrəngi cəmaət şu, əgər cərnəxahi rüsva şəbi, hə, belə bir şey var. Cərnəxahi, o cür bir məsələləri var. İstəmirsən rüsva olasan, abırın gedə. Bunu da bizə deyiblər, abırın gedə. Niyə gedər mənim, məsələn, orada durmasam, mən oxumasam, niyə abırım gedər, məsələn, geçsin. Mənim millətim deyəcəklər ki, İnsaf Əlli durub burada oxumadı. Bax, əcəb cəsarətli adamdır. Amma yox, biz özümüzdə bir şərait yaradırlar ki, özümüz beynimizi yıxansın deyə hərəkət edir. Və bunları danışmalıyıq biz. Televizyonları, radyolar gündə, məsələn, sizin parti məncə hər gün, məsələn, biri partinin hər neçə adamı vardı. Hərəsi geçsin, bir dənə şey açsın, live açsın. Gündə sizin partinin məsələn 50 üzvü deyək var, 500 üzvü var. 500 dənə live açsınlar. 500 dənə hərəsi 10 nəfərə danışsa, elə məsələn 500 min adam elə. Niyə məsələn danışmıyıq? Hərəsi bir konuda danışsın. Yəni biz brainwash eləməliyik. Biz toplumu brainwash eləməliyik. Yəni tazaşdan bu beyinləri yumalı, dəyişməli və sonra doldurmalıyıq. Yəni bir şey doğru doldurmalıyıq. Təkcə müxalifət heç verməz. İranla biz müxalifət elədik. Yerinə taza bir sözlər deməli. Söhbətlərinizə qüvvət, hörmətli Səfəri bəy. Yoldaşlarım biri bir dənə sual yazıblar. Gözəl sualdır. Bu ki, oyanış təhsil yetərmi, yetməzmi? Misali nəqzi də Uyğurlardılar. Yəni Uyğurlarda da oyanışı biz görə bilirik. Amma onlar bir sonuca vara bilməyiblər. Doğru söz. Yəni Uyğurlarda biz oyanışa baxdığımızda özəlliklə din faktoru da onlarda çox-çox güclü olduğuna baxmayaraq, Rəbiyə Qədir kimi liderləri öndə olaraq ona baxmayaraq bir sonuca vara bilmirlər. Amma bu oyanışın sorunu deyil. Hər coğrafiyanın özünə görə özəllikləri var. Biz İran coğrafiyasından danışırıq. Çindən danışırıqsa 2 milyarda yaxın insandan danışmalıyıq. Uyğurların o toplumun neçə faizini təmin etməsindən danışmalıyıq. Oradakı olan nəftlərin nə qədər etki buraxdığından, bölümdəki olan ölkələrdən, bir çox parametrlərdən danışmalıyıq. İrana gəldiyimizdə biz bir topluyuq, 80 milyon cəmiyyəti olursa 40 milyonu türkdür, yarısı. Yəni, əgər biz istəsək həmsan pendari eləyək, gələk deyək, Çində 1 milyard insan var, oyanıb, amma bir sonuca varmır, imkansızdır. Dolayısıyla İrana gəldiyimizdə İran parametrlərini diqqətə alaraq mən ərz edirəm. Oyanış burada yetərli ola bilər. Çünki 40 milyon insanın 40'ını boş verin, 10 milyonu inana vətəni Güney Azərbaycandır, bir nəfər qabağında dayana bilməz. Bir nəfər. Yəni oyanış deyil ki, oyanışın bir şeyi var, sonucu var. Action, reaction. Bir de ki, tez, antitez, sentez var. Yəni sentezi nədir? Oyanmaq sentez deyil. Oyanmaq antitezdir. Bir tez var idi İrancılıq, bir antitez var. Azərbaycancılıq, Türkçülük, bir de sentez var. Yəni ortaya bir şey çıxacaq. Dəqiqən sözdə qüvvət, yəni bu domino kimindir? Bu zərbəsi vurur. Bu dominonun qırağında ayrı parametrlər gəlir. Onda bizdən sonra o biri millətlərin parametri qatılır. Yəni dəyərli yoldaşımızın sözü doğrudur. Yəni orada uyanış var, amma sonuca vara bilmir. Və bu anlamda deyil ki, biz deyək, pəs Güney Azərbaycanda da millət uyanışa çatırsa o səviyyədə sonuca varmayacaq. Yox, millət burada uyanışa çatırsa, çox balaca eşeli biz pişəvərli zamanında görmüşük ki, o zamandakı olan nasionalizm düşüncəsi, millətçilik düşüncəsi indinin mən misal vuraram %1-idir. %1-idir. Və həmin o %1 olan nasionalisti düşüncə özün pişəvəri formatında göstərə bilirsə, dolayısıyla indiki olan halımızda millətdə olan bu oyanış eləyə bilər özün göstərsin, çox güclü bir dövlətçilik səviyyəsində. Yoldaşımızın sözü doğru, amma yəni İrana gəlincək məncə yetərli ola bilər hətta. Çünki domino kimindir əslində? İcazənizlə keçək vətəndaşlıq bəhsinə. Sizin təşkilatın anlamı vətəndaşdan nədir? Vətəndaş Güney Azərbaycanın bütün içində olan insanlar ki, orada doğulurlar, bir növ Amerika sistemi kimi vətəndaşlıq haqqı duyulur onlara. Olurlar vətəndaş.
Hər kəs ki oradadır. Fərq eləmir ki, Bəli. Bütün fərzimiz bundadır ki, biz bir demokrat Güney Azərbaycan dövləti yaratmışıq. Və bir demokrat Güney Azərbaycan dövlətində qəbələn də söhbət eləmişik. İnsanlar hamısı eşit və bərabərdir. Haqqın və ədalətin qabağında. vətəndaşı və vətəndaşlığı elmi, siyasi, hüquqi olaraq necə tərif edir sizin təşkilat? Vətəndaşlığı Vətəndaşlığı. ölkədən gəlir. Yəni bir ölkənin içində yaşayanlara ölkə o hüququ vermək üçün, o ölkənin içində qanunların keçərli olduğu üçün ona vətəndaşlıq haqqı verir, vətəndaşlıq verir və o vətəndaşlıqdan sonra orada tərif olunan hüquqlar ona keçərli olur. Bəzi ölkələrdə vətəndaşlıq səviyyəsi olur, bəzilərdə iqamət səviyyəsi fərqli levellərdə olur. Belə vətəndaşlığa gəlincə həddi nəhai ki, bir camiədə bir şəxs elə bilər o ölkənin içində hüquqa sahib olsun, o vətəndaşlıq vasitəsilə ona tənfiz olunur və verilir. Yəni bir siyasi bir statusdur da bir nəfərə verilib ölkə içində. Yəni doğulsa, dövlət verməsə olmur. Məsələn, bəluçlara deyək ki, sicilli vermir dövlət, İran dövləti. İranın vətəndaşı olmur. Amma sizin tərifdə məsələn, sizin tərifdə, məsələn, Güney Azərbaycanda bir adam doğula. Ya Türkdür, ya Türkdür, ya Ermənidir, ya Yahudidir, ya hər nə, ya Farsdır. İran dövləti bunu rəsmiyyətə tanımır. Deyir, mən sənə vermirəm sicilli. Məsələn, uşaqlar var, sicilləri yoxdur da, bilirsiniz, Türk adı istəyirlər. Əslində bu vətəndaş deyil, bu qaçaqdır. Doğrudur. Sizin tərifdə nə cürdür bu? Hörmətin səbəbi özünüz deyirsiniz. Yəni əgər dövlət o vətəndaşlığı verməsə, o vətəndaşlığı olmur. Bu haqdır, ədalətdir, təbizdir. Bunlar ayrı məsələlər. Sizin tərifdə, yəni o İranın tərifidir. Bəli, Güney Azərbaycan dövlətində hər bir şəxsin vətəndaşlığı ki, orada doğulur, dolayısıyla verilməlidir. Biri ola bilər iqamət, misal üçün mühacirət edib köçüb gəlib. Mən İsveçə gəlmişəm, eyni birisi. Köçüb gəldi, o da mərahilə, o da iqamətin, ondan sonra vətəndaşlığını da ala bilər. Yəni, İsrail bunu bilirəm. Doğumdan gələn hər bir şey otomatik var, dövlətin haqqı yoxdur onun vətəndaşlığını qəbul eləməyə. Ya da vardır, nədir? Onda bir dənə müşkül gəlir qabağa. Praktik müşkül. Bir dənə turist gedib orada dolanır, uşağı olur. Həman ki, Amerikada var və Trump deyib gəlib götürəcəyim də. Yəni o zatları da olur içində. Bunlar hüquqi bəhslərdir. Müsəlləmən onların da qabağını almaq üçün bəzi qanunlara kulli ərz edirəm. Yəni gəlin deyirəm o cüz'iyyatı o dövlət öz zamanında Vizarət Umur Mühacirəti ola bilər ki, o eləyirlər, bunları bərrəsi eləsin. Ümumi və kulli olaraq müsəlləmən bunların da qabağını almaq mümkün üçün çox zamanlar Türkiyəyə, Amerikaya və hətta bir zamanlar ki, Kanadaya da bu müsafirəti zatlar, tranzitlərin sağlar, oraya girlər, içəriyə doğurlar, vətəndaşlıq alırlar. Yəni bu olur. Bilirəm də ki, olur. Müsəlləmən bunun qabağı alınmalıdır o vaxtında və zamanında müsəlləmən. Vətəndaş olmanın özəllikləri və şərtləri nədir? Şərtləri gənə də ərz edirəm. Bunlar çox hüquqi məbahisdirlər ki, o dövlət gələk zamanında otur tərif edir. O dövlət ki, o məclisə o layihələri sunur, məclis sonra bərrəsi eləyir. Çox hüquqi bəhslərdir. Belə kullən və ümumi istəsək bəhs eləyək deyək. Normalda partilər, yəni demokratik bir ölkədə partilər bu bəhslərin içinə girirlər, hətta bir-birləri ilə müxalifət edirlər. Sonra o bir layihə yazır, parti aparır parlamentə, parlamentda qanuna çevrilir. Yəni normalda partilərdən qalxan bir haqlar, qanunlar partilərdən qalxırlar. O partilər ki, o zaman yaxınlaşırlar, daha eləyə bilirlər, bunun haqqında danışırlar. Və o zaman daha ola detaylar ortaya çıxır. Ümumi halətdə nəhayətində danışa biləcək məqamlardır. Ümumilərdən də budur ki, elə doğulmaq haqqı, yəni doğulduğun etibarilə sənin vətəndaşlığın otomat olaraq verilir. Və o vətəndaşlıq haqların içində tərif olunan haqlarda o dövlətin haqqa necə baxdığından yanadır. Yəni, hər nəyi ki, insana bir haqq sayır dövlət, o vətəndaşlıqla tənfiz olunur o şəxsə və insana. Mən saata baxıram, istəyirəm görüm ki, sizin vaxtınızda nə qədər qalır? 15 dəqiqə. Tamam, qutardı. Bir ruba qutardı. Kimlər vətəndaş hesab olur
Kimlər vətəndaş tanınmır. Gəldiniz deyirəm, vətəndaş tanınmamaq, hər kəs ki doğulur, otomatik vətəndaş olur. Əslində bu Tamam. mən bir dövlət eləyə bilməz ki, mən səni tanımıram. Yəni qanuna gələ hamısı qanuna bağlıdır. Bizim tərif etdiyimiz qanunda sən doğulduğun etibarilə uşağın vətəndaşı olur. Kimlər vətəndaş olmur onda? Turist. Axı kimlər vətəndaş olur? Misal nə mənə görə turistlər, tranzitlər filanlar, yəni sualı biraz qonqurdur. Mən nə yəni kimlər vətəndaş olmur? İran kimi format istəyirsiniz beyninizdə ola, müsəlləmən elə deyil. Yəni də qanundur da, qanun yazılı. Hər kəs ki misal üçün burada mütəvəllid olur, vətəndaşlığını alır otomat. Quturdu getdi. Yəni İndi sən bir gəlib vətəndədir. Deyir ki, mən burada doğulmuşam, 50 yaşım var, heç mənə də sicili verməyiblər 50 ildir, mən burada keçincəm. İddia edir. Bunlar istisnalar hörmətin səfəri və bunlar da müsəlləmən dadgahı salih. Yox, indi Bəluçistanda olur. Bəluçistanda bu çoxdur. Yəni İranda deyir ki, siz o tərəfdən gəlmisiniz, mən qəbul edirəm. Çünki dilləri bilirsiniz, farsi ilə bir deyil, onların da dilləri. Deyir ki, siz o tərəfdən gəlmisiniz, mən qəbul edirəm. Yəni İran dövləti buna görə vermir. Deyir ki, mən sizi İranlı qəbul edirəm, siz o tərəfdən gəlmisiniz. O zaman bizə gəlincə də o dövlət üçün demokratik bir dövlətdir. Hətmən orqanhay salihəsi var. Özünə görə dadgahları var ki, mən bunu dəli bərəsi edir. Burada istisnaat üstündədirlər. Yəni bu istisnaların da hətmən ki, özünə görə bir dəyərləndirmə sistemi olmalıdır. Hətmən mədək istənilər, harada doğulubsan, nə bilim atan, anan, atıram belə bir zətdə. Və müsəlləmən qanun bunları öngörməlidir və öngörməzdən də gələ bilməz bu məsələlər müsəlləmən. Vətəndaşlıq hakimiyyət tərəfindən verilən və rəsmiləşən bir keçici haqdır, siyasi, hüquqi durumdur, yoxsa əzəli, əbədi bir haqdır? Bütün dövlətlərdə vətəndaşlıq verilir, amma bəzi şəraitlərdə dövlət anayasalarında da hətta bəzi dövlətlərdə var, bəzi dövlətlərdə hüquq olaraq qanun əsası da yox, bəli sonradan yazılmış qanunlarda yazılır və qeydə alınır ki, vətəndaşlıq alına bilər. Hətta bir İsveç dövlətinin özünün İsveç. Mühacirlərdən alına bilər, beləsi onlar mühacirlərdir. Mühacirlərdən də alına bilər. Hətta ola bilər bir hökumət qərar versin buna ki, mən hətta öz vətəndaşım olanlara da vətəndaşlıqdan xəliyyət edirəm. Misal üçün İran hakimiyyətində bu dilətçə iləndir. Yəni İran özü almır və siz dilətçənizi sunsanız, heyəti dövlətə gedir və vətəndaşlığınız ləğv olunur. Öz istədiyiniz ləğv olunmaqdır, hə? Amma siz dediniz İran tərəfinə. İstəyirəm o misalları gətirəm xidmətinizə. Yenə də qalıb bu dövlətə. Bir dövlət, misal üçün deyirəm Danmark qanun keçirdi ki, hətta öz vətəndaşlarını, amma Daişdə ya IŞİDdə olduqlarının isbat olunursa, vətəndaşlıqlarını xəl edir. İndi ona da biraz soruna yeyiblər ki, biz bunu xəl elədik, haraya bunu deport edəcək. Nə edəcək? Mən də istəyirəm onu soracağım. Burada hüquqi məsələlər, ona görə bir qalır, yəni çəkişbəkdədirlər. Yenə də qalır hüquq dövləti necə təslim tutduğuna. Mənim şəxsi düşüncəmə əgər gəlirsinizsə, məncə bir dövlət hökumət vətəndaşlığı heç bir vətəndaşından almamalıdır. Heç bir halətdə. Çünki haqq doğulduğu etibarilə verilir və bir hökumət və dövlətin haqqı yoxdur onu alsın. Bəli, ola bilər. Məsələn, mənim bir Kanada buradan göndərir İrana, deyir ki, məsələn, sən orada doğulmuşsun, get ora. Amma məsələn, mən İran məni istəsə, sala eşiyə deyər, hara keçilir, harada doğulmuşsun. İlla ki, deyəcək Təbrizə, Kəlana, öz kəndimə keçilir. Yəni, ayrı bir yeri yoxdur. Ərz edeyim ki, dövlət vətəndaşlığı vətəndaşlardan ala bilərmi? Ona cavab verdiniz əslində. Vətəndaş vətəndaşlıq haqqını ata bilərmi? Bəli, istəsə ata bilər. Yoldaşlar, mənim bu səsimin azlığından gəndə şikayətçidirlər. Vallahi da mən səsim bilən budur. Mənə səsim yaxşı gəlir. Bu sonraki videolarda da yaxşı olacaqdır. Əgər zad olmasa başlasınlar. Məncə bəli, vətəndaşın haqqı ola bilər, haqqı olmalıdır. Ki, bəzi haqlar var, mən belə baxıram. Bəzi haqlar var, insanı özü ata bilsə də, toplum gərək onu atmaya. Mən belə düşünürəm. O cümlədən vətəndaşlıq. Məsələn, mən deyəm ki, mən Azərbaycanlı deyiləm. Toplum gərək bunu atmaya. Çünki bir zaman olar ki, yenə də görərsiniz ki, o adam qeydər. Məsələn, insan bir istəyir ki, mən isə savad qalım.
haqqı deyil onun besavat qalsın. Mən istəyirəm məsələn məsələn özümü öldürəm. Haqqı deyil. Yəni Biraz fərqli düşünürəm. Mən deyirəm, mən daha çox o liberalizmin o zatlarından bu fikrim qabaqda da fürsət olaraq danışaraq məncə yox. Bir şəxs eləyə bilər, haqqı olsun ki, istədiyi vətəndaşlıqdan çıxsın. Yəni misal üçün bəlkə birisi istəyir İran vətəndaşlığından çıxar. Bu haqqı olmalı. Sabah ola bilər biri istəyir İran ilə Güney Azərbaycan deyir, mən istəmirəm Güney Azərbaycanlı olam. Onun haqqı olmalıdır. Yanlış ya doğru. Mən o seçimə ehtiram qoymaq zorundayım dövlət olaraq. Hətta qəbul etməsəm. Tamam. Vətəndaşlıq düz istəyirəm. Vətəndaş o haqlardan, vətəndaşlıq o haqlardandır ki, insanlar onu ördükcə atmaq haqqı var. Tamam, onu getək. Çiftə vətəndaşa, vətəndaşlığa necə baxırsınız? Sorun deyil. Ola bilər. Ola bilər. Bəzi məmləkətlərdə deyirlər ki, bu savaş düşürsə müşkül yaradar, casusluk məsələsi ortaya gəlir. Bunları necə görürsünüz? Məsələn, Türkiyədə baxan İranlıların Türkiyədə olmaqları Türkiyənin əmniyyətinə çox böyük zərərləri var. Yəni ittilaat o qədər adam yerləşdirib, ev alıblar, falan alıblar, zindicanlıq qruplar orada. Bunlar sabahları Hörmətin Səfərli bəy, amma o şəxs də o hüququn, yəni sorumluluğunu da daşıyır. Yəni çox gözəl misal var. Dostum, dəqiqən bu məsələlərdə təhqir olunur bu çiftəlik. Ola bilər iki vətəndaşlığınız var və iki ölkə bir-biriyle savaşa gedir. Siz hamısının yanında dursanız, nəzərdə almalısınız ki, o birisi ölkənin gözündə vətən xainisiniz. O məsələni boynunuza alaraq bu məsələyə girirsiniz. Əgər sorumluluğunu daşıyırsınızsa, onda heç bir sorun yoxdur. Təbiatını da seçir. Onda savaş düşsə məsələn, onda neynəməlidir? Məsələn, bunları Kanadada yığdılar, apardılar Japonları birinci, ikinci Dünya Savaşında yığdılar, apardılar şeyə. Həm. Olmasın da, iki dənə olmasın da, bir dənə olsun da elə. Yox, istəyirəm deyəm ki, bu şeydir ya. Təbii ki, o ittifaqlar düşənlər. Basmalıyıq. Bunları düşünməliyik ki, biz məsələn sabahlar dedik, tamam, iki tərəflidir. Farslar gəldilər, dedilər ki, Azərbaycana gəldilər, istiqlalını, biz istirik İranda, yalnız burada olaq. Necə məsələn Türkiyə deyirdi ki, bir zaman Türkiyə Türk dünyasının bilirsə anayasasında tamam Türklərin vətənidir. Hamı Türklər gedib orada qala bilərdilər. Amma bir zaman gözün asısı gördü ki, tamam casuslarla dolu içəri. Əslən Türklər adamlar əqəlliyyətə getsinlər. Belə bir durumda. İndi son sorunu da soruşum. Bilmirəm vaxtımız var ya yox, amma vətəndaş qavramı kimləri içine alır? Bir ibarə, fikirlə birinci sualı təqribən o sualların birisinə qayıdır. Yəni vətəndaşlıq kimlərə verilir, kimlərə şamil olunur kimi bir sual. Yəni ərz edirəm, o torpağın içində doğulanlar. Birisi var indi. Yəni biz vətəni qurduğun an itibarilə biz doğulmuruq ki, biz varıq. O mərhələ doğrudan qozardır. Biz o qozardan sonradakını danışırıq. O qozardan sonra doğulanların hamısı otomatik vətəndaş sayılırlar orada. Yəni istisnalar ola bilər, ayrı vətəndaşlıq vermək formatları. O istisnalara dövlət özü danışır, hüquq özü danışır və ümumiyyətlə bu qavram ona işlənilir. Vaxtımız var 3 dənə də suala cavab verək. Bəli, buyurun. Vətəndaşın haqları nədir? Vətəndaşların haqları, bu da fikir sualların birində bir model var idi. Tamamı hüquq işi, bir şəhərvənd eləyə bilər o ölkənin içində. O haqları daşısın, o haqlara sahib olsun, ya ola bəzi məsələlərlə bağlı qorunsun, onların hamısı bir vətəndaşlıq haqqı kimi sayılır. Yəni siz hər bir ölkədə qanun çərçivəsində tərif olunmuş, sizə mane olmayan işlərin hamısını görməyə haqqınız olmağı vətəndaşlıq sizə verir. Ən üstün səviyyə. Misal üçün bəzi ölkələrdə, misal üçün İsveç misal var. Burada siz iqamətsiz olduğunda, daim iqamət olduğunuzda eyni vətəndaşsınız, amma bəzi yerlərdə rəy vermək haqqınız yoxdur. Yəni bu fərqlər olur. Vətəndaşlıq bir insanın ən yüksək səviyyədə bütün haqlara sahib olması deməkdir ölkədə. Vətəndaş və vətəndaşlıq haqları bireysəldirmi, yoxsa vətəndaşlıq toplumsal və milli haqdır? Bir növ bireysel
Yəni birey olaraq biz vətəndaşlığı alırıq. Bəli, vətəndaşlarımızın haqqın qonusuna gəlincək də bəzi ola bilər haqlar boynumuzda olsun. Yəni ictimai prinsipləri riayət etmək, əlbəttə o da tək vətəndaşlara keçərli deyil. Bireysel olur da, bireyseldir təbii olaraq. Əgər bir gün Güney Azərbaycan müstəqil dövləti ilə qonşu dövlətlərin arasında ya millətlərin arasında savaş çıxar, o qonşudan bizim içimizdə azlıqlar ki, yaşlılar onların haqqında nə düşünürsünüz? Vətəndaşımızdılar, Kürtdür, Ermənidir, Farsdır, Lordur. İndi savaş çıxdı. Çətin sualdır. Çətin sualdır və şərait-i cəngini tələb edir. Şərait-i addidə tamam insanlar bərabərdirlər. Şərait-i cəngidə də bütün insanlar bərabərdirlər hüquq və qanun çərçivəsində. Məsəl, əgər bir Kürt dövləti ilə o zaman qurulmuş olsa, yox, bəlkə də qurulmadı heç zaman herhalde. Erməni deyək ki, vardı. Onu olanlardan danışaq. Ermənilərlə biz bir zamanı savaşdıq. Güney Azərbaycan içində olan ermənilər heç kəs haqqı yoxdur. Onların haqlarını zərrə qədər pozsun. Məgər ki, onlar qanunsuzluğa və haqsızlığa əl vurmuş olurlar. Normalda biz bu tür görürük ki, bu toplumlar, mesela biz gelmişik Türkiye'ye, Azerbaycan'a, Kanada'ya, Suedi'ye, her yere. Öz toplumumuzda acip bir şeyimiz var. Yani Erdoğan Cenab-ı bir parti uzatmışsınız, varızdır ki, istiyorsunuz gidip vətənə savaşansınız. Bizim vətənində elamı cəng eləsər, siz hangi tərəfdə duracaqsınız? Kamilən bilirəm. Ona görə mən əvvəl cümləmi ərz elədim ki, şərait-i cəngin də cəngi şəraiti vardır özünə uyğun. Mən teoridə və ideallarını ərz elədim xidmətçisi. Bəli, Müsəlləmən Atatürk də 1900-cü illərin əvvəllərində ondan qabaq elə bu düşüncədəymiş. Amma şərait-i cəngi bəzən bəzi əməllərə, əqdlərə müncər ola bilər ki, hətmən o zamanda arxasında qanun və haqq olmalıdır. Necə ki, biz danışdıq, ola bilər şərait-i cəngi icab eləyə, demokrasi haqqı əlindən alınsın millətin, çoxunluğu daşıyan toplumun tərəfindən onaylayaraq. Ola bilər bu ayrı zatlarda keçərli olsun müvəqqəti olaraq. Bəzi məsələlərin ardı kəsilsin deyə. Yəni o şərait-i cəngi zatlarda tələb edir müsəlləmə. Bunu altını çizərək. Teşekkür ederim. Vətəndaş bölümünü burada qurtardıq. Çox sağ olun. Siz bu günlərdə milli ərdəmli nişanın qazandınız. Mən burada yazdım. Bir gün fəqət sabahları eyni saatda başlayacaq. Elədir. Sabahda mən qonaq olacağım xidmətinizə. Qurban kəsərəm. Çox sağ olun, var olun. Teşekkür edirəm. Bu günləri 4-cü gündür ki, danışdıq və çox gözəl məsələlər yaratdınız. Fəqət bu vətəndaşlıq haqqında bir dostumuz qəşəng tərif veribdi. Adın deyim İstiqlal Partisindən bir gözəl tərif var. Deyir ki, hər kəs vətən üçün silah götürüb savaşa girirsə, hangi millətdən olursa olsun savaşa girirsə, onun hüququ qorunmalıdır. Soruşdum ki, xanımlar necə? Dedi, xanımlar da aynıdır. Yəni, xanımlar da aynı silah götürüb vətən üçün savaşa girirsə, o tariki ilə, elə o qarşı millətindən ki, savaşa girmiş o. O vətəndaş da onun haqlarından difa olunacaq. Amma əgər silah götürüb savaşa hazır olmazsa, vətəndaş bəlkə yaşlıdır, bəlkə mərizdir, bəlkə. İstəyi fərqi olar da, onun istəyi. Yəni, məsələn, yazıcı gəlsə İran-Əraq, sizin yazıcı gəlməz, siz çox cəvansınız. İran-Əraq savaşında bizlərin beynimizi o qət yümüşdülər, o qət dinçə eləmişdilər ki, yaşlılarımız deyirlər, biz gedək səngər olaq, güllə dəysin bizə, siz gedin qabağa. Mən çox adam Azərbaycandan getdilər, qocalar, cibhədə elə göndərdilər ki, min üstə çıxın. Bilirdilər orada
min var ha. Əvəzinci deyirlər ki, minləri gedək çıxadaq adamlarımız ölməsin. Deyirlər ki, gedin. Hətta mənim yadımda bir seri soruşdular ki, şey olsa neyniyək? Məsələn, minlik olsa neyniyək? Uşaqlardan yol istəyirdilər. Uşaqlar dedilər ki, üstünə moçet səraq, yer yaq. Yəni bununla da gedirdilər qabağa yəni. Bilirsiniz, istəyirəm deyəm ki, o beynimizi yumuşlar aparmışlar amma şeydi, biz 70'lik İran üçün savaşırdıq yəni. Diqqət buyurursunuz, o hər halda belə bir vəziyyət keçmişik. Sağ olun. İzninizlə onda mən beynimə buyurduqlarınız, beynimə yeni zadlar da gəldi. Bir balaca toxunam. Hörmətli Səfəri bəy, savaş həttəmən necə klasik savaş olmuyor. Özellikle çağımızda başlamızda bir etibarla deyirlər. Evet, indi Rusiya ilə Ukrayna savaşı bu tərifi dəyişdirdi və Rusiya-Ukrayna savaşına qədər dünyanın ən son klasik savaşı İran-Irak savaşı deyirdiler. Ondan sonra da savaşlar klasik halətdən dəyişilmişdi. Tank aparaq, min qoyaq filan. Ki amma bu həm Azərbaycan Ermənistan savaş burada dəyişdirdi. İstəyirəm burada deyəm ki, indi savaş metodları fərqli olur. İndi savaşı daha çox terroristi qüvvələrlə yürüdürlər. Niyabəti qüvvələrlə besdirirlər. Yəni Türkiyə özü indilən savaşda. Hətta savaş tərəf hesabı bir ölkə olmasa da, amma savaşda, terrorist qüvvələrlə savaşdadır. Şəhid verir və təbii ki, onlardan da can alır. Və onlarda o terrorist qüvvələrə mənsub vətəndaşlar da var. Baxın, o vətəndaşların bir çoxusu da yenə də Türkiyənin olmağını istəmirlər. Türkiyənin bölünməyini istəyirlər, parçalanmağını istəyirlər. Amma necə ki, Türkiyə çalışır ki, haqqı riayət etsin, madam silah almayıbsınız əliyizə, mənə qarşı savaşasınız, madam demokratik yollarla savaşırsınız, haqqınız qorunmalıdır. Bizim təklif elədiyimiz Güney Azərbaycan dövləti də belə olmalıdır. O vətəndaşı ki, mənim vətəndaşım da olsun, hətta parçalamağımı istəsə, amma silah almıyor əlinə və mənə qarşı qeyri-qanuni yollara əl atmıyor, onun haqqını qorumağa mən özümü mükəlləf bilirəm. Yox, sabit eləyə bildim. Bu cızıqdan çıxıbsa, onun müamiləsi fərqli. O, şəraiti cəngi, özəlliklə cəngi şəraitdə daha fərqli. Çünki orada vətən savaş içindədir. Yəni bunu istədim, yəni bu hətta müxalifimiz olsa da biz bu haqqını qorumalıyıq. Məgər ki, xilafı sabit ola ki, o əslən başqa məsələ. Bəli, bu ki, göylü olacaqlar, qəti göylü olacaqlar ki, siz də buyurdunuz. Necə şimdi adam həmən azınlıq ki, Türkiyədə yaşayır, bir çoxsu göylüdür məqama. Bəli, Türkiyədə haqlarını qoruyur, deyir, siz silah ələ aparmırsınızsa, təklifiniz fərqlidir məndən, onlarla, o biri teröristlərlə. Bir buydu, bir də yoldaşların biri buyurmuşdu, vətəndaşlıq sual soruşdu, məşrut olmalıdır ya yox. Gene də altını cızaraq ərz edirəm, biz burada kulli söhbətlər edirik. Qanuna gəlincə qanunun ləvayihi olur, təbsirələri olur, maddələri olur, danışılır, tartışılır. Siz buyurduğunuz kimi bir dənə təbsirənin izafələşməsi üçün görürsünüz məclisdə 5 gün partilər bir-birlərini boğurlar, öldürürlər. İndi kulli fəqət ərz olundu. Məşrut olunması da bəlkə olmuş olar. Mən indi beynimə gəlmir. Nə cür bir nəfər vətəndaş olması məşrut oluna bilər. Çünki zənnincə məşrutiyyət qoyuruqsa, şərt qoyuruqsa, yer açırıq zülmə. Həmandır ki, İran misal üçün bəlusları görür, ya istəmədiklərinə görür. Bəlkə elə hər kəs doğulduğu etibardan vətəndaş olmağı daha yaxşı ola bilər. Vəli genə də deyirəm, ola bilər zamanı gələr. O həttəmən şeyə demirlər, məşrut olmaq həttəmən xaricədən mühacirlərə deyirlər. Yoxsa vətəndaşlığa, o işi doğulur ona şərt qoyulsa, yəni rəsmən onda getər, məsələn, deyək ki, ermənilər olmasın, ya kürdlər olmasın, ya arvadlar olmasın, ya kasıblar olmasın, ya kətlilər olmasın. Yəni, onda bir, ya məsələn, kasıbların balası vətəndaş olmasın bundan bu yüzden demə. Yəni, bu olmaz ki. Siz buyurduğunuz kimi etibarın mənzurları odur və müsəlləmən onda təbii o bölüm məşrut olunmalıdır, qətlən olmalıdır. Bu ayrı məsələ. Sözü uzaq. Yalnız evlənməklə, məsələn, evlənməklə bir istir şey olsun. Azərbaycan. Doğru. Gəlin, Teşekkür ederim. Öncədən hörmətli Səfəli bəy, təşəkkürlər, çox sağ olasınız bu vaxtı və çox gözəl mübahisələr gərsədi. Mənim özümə də çox dəyərli, faydalı. Bütün yoldaşlara da ki, indiyə qədər izlədilər, ya gəlib getdilər, hər vasitələ də sonra izləyəcəklər. Minnətdarlığımı bildirirəm və yorulmasını da deyirəm yoldaşlara mənim söhbətlərimi təhammül etdikləri üçün. Gecəz xeyrə qalsın. Çox sağ olun. Görüşək. Gecəz xeyrə qalsın. Sağ olun, var olun. Əziz və hörmətli dostlar,
Təşəkkür edirəm. Bizim sayğılarımızı, hörmətlərimizi qəbul edin. Bu iki söhbətin ortasında salamlarınıza cavab vermirik. Bunun anlamı bu deyil ki, biz görmürük salamlarınızı yazırsınız. Amma üçün ciddi danışığın ortasında yox. Onu kəsib salamlarınıza cavab verə bilmirik. Çünki zehnimiz qaçar və söz ayrı yerə gedər. Amma sayğılarımızı, hörmətlərimizi qəbul edin. Bu günləri dördüncü gündür ki, Azov təşkilatının sözcüsü ilə danışırıq. Əmir bəy Mərdani cənabları ilə bir gün ortada tətil oldu. Sabahları son gündür danışacağıq. Çünki bilirsiniz bu proqramda, yəni düşüncə bağı proqramında biz belə bir tərif qoyduq ki, hər partidən bir nəfər o partinin nümayəndəsi olaraq gəlsin. Bir həftənin içində 6 gün, gündə 4 saata qədər sorularımıza cavab versin. Hər nə qədər eləyə bilsə, canları, imkanları çəksə ki, otura bilsinlər, cavab versinlər. Və buracan əziz və hörmətli dostlar, mən bir qeydim deyim. Biz Güney Azərbaycan və Qəşqaylərdə olan partilərin dəvət elədik. Qəşqaylərdən olanlar deyirlər ki, işə gedirik, dərsə gedirik, Almanda yaşırlar, biraz zor vəziyyətdədirlər, ehtimalən gələrlər, ehtimalən gəlmələr, %99 məncə gələ bilməyəcəklər. Ona görə onları şey eləmirəm, çünki onlar dövlətin qarşısında, Alman dövlətinin qarşısında feylən bir məsuliyyətlər var. Yəni, hətta işə getməkləri da belə orada vəziyyətləri, o cür bir vəziyyətlərdir ki, dövlətin gözü altında olmalıdırlar. Onu qoyub bura gəlsələr müşkilə düşərlər, vətəndaşlıq müşkilinə düşərlər əslində. Ona görə onlara baskı basamırıq. Ondan sonra Güney Azərbaycan təşkilatlarından 11 təşkilatı dəvət elədik, təşrif gətirsinlər. Bunlardan 4-ü gəlmədi, istəmədi gələ, ya gəlmədi, 6-sı. Qalanı gəldi. İndi deyəcək ki, 6 ilə 7 ildir 13 təşkilatdan biz dəvət eləmişik. Ərz edeyim ki, Güney Azərbaycan İstiqlal Partisindən Sayın Salih bəy Yıldırım cənabları 11 gündə 500 soruya cavab verildi. Və biz bunları yaymışıq və bunların ən üstün nişan ki biz burada veririk, milli ərdəmlidir. Ondan biraz aşağı ən ərdəmli, ondan da biraz aşağı ərdəmli və ondan aşağı mənfi nömrə. 1, 2, mənfi 1, mənfi 2, mənfi 3, mənfi 10-a qədər. Və Salih bəy Yıldırım cənabları bir dana ən ərdəmli, 10 dana milli ərdəmli nişan alıbdır. Sağ olsunlar, var olsunlar. Əjdər bəy Təqizadə cənabları Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatı Başkanı olaraq demişdilər, gələcəklər, gəlmədilər. 6 dana mənfi, 6 dana hər gün 10 mənfi, 6 mənfi, 60 mənfi aldılar. Umaram ki, gəlsinlər, sorulara cavab versinlər, ya da heç gəlməsinlər, sorulara cavab versinlər, yaysınlar. Biz də onu kitab eləməyə çalışarıq. Yunus bəy Şamili cənabları Azərbaycan Demokrat Partisi müşaviri olaraq təşrif gətirdilər. 6 günün 6-sında da huzurları oldu. 5-də milli ərdəmli, 1-də ən ərdəmli unvanını qazandılar. Qol veriblər, söz veriblər ki, cavab verirlər. Mütəəssifanə 2 aydan çoxdur ki, hələ feylən cavab verməyiblər heç bir suala. Umarım ki, səlahat versinlər. Salih bəy Kamirani cənabları Azərbaycan Mərkəz Partisi lideri olaraq təşrif gətirdilər. 5 gün, hər 5-də də milli ərdəmli unvanını qazandılar. Qəraldır sorulara cavab versinlər, verməyiblər. Umarım ki, cavab versinlər. Eyni halda təşəkkür edirəm. Hala bizim programı, bu proqram gələn buradan geçir. Bunları yayırlar televizyondan gedir və canlı 2 dəfə də yayılır. Hər gün gecə saat indi elə bir biləş, biraz bir vaxtda çekilir 12-dən sonra və sübh saat 8-dən sonra Təbriz vaxtı ilə yayılır. Eldar bəy Qaradağlı cənabları Güney Azərbaycan Milli Qurtuluş Partisi lideri olaraq 6 gün 6-sında təşrif gətirdilər, 6-sında da milli ərdəmli aldılar. O gündən bu günə də yazırlar. Bu günlərdə 3 saatlıq səs göndəriblər. Yenə mən bura gəlməmişdən öncə gördüm. Hələ qulaq asmamışam özüm, ona da qulaq asacağam. Yavaş-yavaş növbə yetişəcəm. Fikir edirəm ki, bir gündən o səsləri video eləyəcəyik. Məcid bəy Cəvadi Azərbaycan Milli Dirəniş Təşkilatı Başkanı olaraq dəvət oldu. Amma mənim qusurum qadanında mənfi 100 alıram burada mən. Mənim qusurumdan dolayı mən o iş əməkdaşlıq qərardad ictimai farsça. Toplum bu qərardad ki vardı burada necə işləyəcək onu göndərmədiyim üçün son 4 gün qalanda dedilər ki, gəlməyəcəklər, çünki bilmirlər ki, müqərrərat nədir, biz nə cür rəftar edirik.
Ondan sonra məcbur olduq o günlərdə Haşim bəy Bilgini Güney Azərbaycan Liberal Demokrat Partisi lideri olaraq dəvət eləyək. 2 gün gəldilər, o 2 gün də çox yaxşı keçmədi. 3-cü gündən bağladıq və indi də buradan yenə də deyirəm, hər gün də bunu deyirəm. Eləyə bilərlər sorulara yazılı olaraq cavab versinlər, biz onu kitab eləməkdə çəkinmər. Mahmud bəy Bilgin cənabları, üzr istəyirəm, Sadıq bəy İsabəyli cənabları, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi qurucularından və heyət müdiriyyəsindən 5 gün təşrif gətirdilər, 5-ci də milli ərdəmli aldılar və söz verdilər ki, vaxt tapdıqca cavab verirlər. Hələ buracan cavab verməyiblər, bir ayda geçdi. Mesela Mahmud bəy Bilgin cənabları Güney Azərbaycan Demokrat Partisi lideri olaraq dəvət olmuşdur. Gəlmədilər. Sonra gələndə də dedilər ki, mən 5-6 suala seçin cavab verim, gedim, mən hamısına cavab verməyə halım mənim, vaxtım yoxdur. Və beləliklə mən də müsahibə eləmədim, düzün axtarsınız və hər gününə 10 mənfi, 60 mənfi verdik. Beləliklə bir mənfi parti oldu. Amma lütfən yazılı göndərin və biz onu kitab eləməyə çalışıq. Məhəmməd Hüseyn Yahyayı cənabları Azərbaycan Demokrat Fürqəsi təşkilatı olaraq, yəni Pişəvəri, Şəhid Pişəvərinin partisinin nəsli olaraq devam edən parti tərəfindən sözcü olaraq bu proqrama sözcü olaraq gəldi. O təşkilatın sözcüsü deyil, amma bu proqrama sözcü olaraq, rəsmi olaraq gəldi. 6 gün huzurlarında olduq. Təşkilatlar sorularımıza cavab verdilər. Hər altında milli ərdəmli unvanını qazandılar. Çox da ısrarları var ki, o birisi sorulara da huzuri cavab versinlər. Çünki mən də inanıram, onlar da inanırlar ki, sorular çox geniş bəhs olur. O görünməyən yerlər soru-sual altına gedir və yaxşı gedir. Mən də buna inanıram, amma imkanımız yoxdur. Umarım ki, yazılı olaraq, ya səsli, ya video olaraq cavabları dostlardan alaq. Əmir bəy Mərdani cənabları, keçən 5 günün içində 4 dəfə qonağımız olubdu. Azıq Təşkilatının başkanı olaraq, öz üzrə başkanlar yoxdur, sözcüsü olaraq və sabah da ən son günü olacaqdır. Buracan milli ərdəmli unvanın hər 4 gündə qazanıblar. Sağ olsunlar, təşəkkür edirəm. Mənə, dostlar, mən bu partilərlə danışan dövrədə inanırsınız, inanın, inanmırsınız, inanmayın, and içməyəcəm ki. Amma bayaq dediyim şey, biz milli hərəkət bir-biri ilə danışmır və bizlər bir-birimizi qulaq asmağa halımız yoxdur. Deyirik bəlkə bilirik hər şeyi. Mən bilirəm də lazım deyil ki, tikrar-ı mükərrərat. Yox, dostlar. Fərqli zaviyələrdən baxaq, fərzli anlardan baxaq, fərqli düşüncələri öyrənməyə və onlara hörmət qoymağa çalışaq. Mən bu 7 təşkilatla buracan danışmışam. İnanın, mənim düşüncəm %50-60 değişikdir. Yəni, kim girər suya, sudan çıxar və islanmaz. Siz milli hərəkətdə girin suya, bəhslərə girin, islanacaqsınız. İmkansızdır. Və bir də bu ki, dostlar, bir dana göl var, bir dana dərya var. Ora bir daş atın, daş da, dalğa yaradacaq. Mövc yaradacaq farsızca. Dalğa ki yarandı, siz yenə daş atın, yenə daş atın. O daşlar, dalğalar gedəcəklər. Minlər dalğa gedəcək. Siz, bu proqram özü bir daşdır. Artıq milli hərəkətin içinə bir dalğa yaratdıq. Bu dalğa gedəcəkdir. İnşallah kitabların çap eləyəndə hər kitab özü bir dalğa olacaq və hər adam ki o kitabı oxuyacaq özü bir yeni dalğa yaradacaq. Yəni dalğalar içində dalğalar olacaq. Siz bunu fikir edin ki, görəcəksiniz ki, məsələn 1000 nəfər bu proqramı baxmış olursa, bunlar mümkündür 1000 dana dalğa yaradarlar. Kiçik də olsa yaradacaqlar. Məsələn mənim üstündə böyük dalğa qoydum. Mən bundan bu təbii ki, bu düşüncələri yazılarımda, danışıqlarımda, görüşlərimdə bunları işlədəcəm. Müstəqim bəlkə yadımda olmayacaq. Yəni bunu Həsən dedi, bunu Hüseyn dedi, bunu o parti dedi, bunu bu parti dedi. Amma mənim düşüncəmdə onlar nə oldular? Şəkil verdilər, dəyişdirdilər. Və buradan bir orta şey düşür. Yəni orta bir anlayış, düşünüş və bir davranış ortaya çıxacaq.
Məsələn, mən vaqəən bəzi dostlara tay düşünürdüm ki, partilər bir-iki nəfərdilər, düşüncələri yoxdur, zəifdilər filandılar. Gəldim partilərlə danışdım, gördüm ki, hamısı məndən ciddi düşünürlər, hamısı məndən yaxşı düşünürlər. Nədən mən belə düşünürmüşəm ki, partilər zəifdilər? Partilərin düşüncələri yoxdur, ideolojiləri yoxdur. 500 dənə sual soruşdum ki, görək nə deyirlər? Tamam, 500 dənə suala baxın, bu günləri məsələn, cəmən biz bu günləri fikir edirəm ki, 30 dənə sual soruşmadıq. Soruşduq bəlkə 30 dənədən çox oldu. Bir dəqiqə buradan deyim. Federalizmin 25 sualı var idi, vətənin 10 sualı var idi, bu 35 sual, vətəndaşlığın da 13 sualı var idi, bu da 48 sual. 48 sual bu sual soruşmuşum, amma insanın zihni değişir. Yəni nə qədər sual gəldi, mənim özüm şəxsən, mən dostlara tay deyiləm, mən özümü kəssək kimi görürəm. Daşıydım əvvəl, deyirdim ki, partilər zəifdilər, partilərin düşüncələri yoxdur, fəlsəfələri yoxdur, planları yoxdur, nəyə gedir o təkrar mükərrərat, o qətliyiblər ki, qulağımız. Amma mən gəldim gördüm ki, bunlarda bir şeylər var ki, məni təsir qoyur, məni dəyişdirir. Mən bunları eşidəndə bir ləzzət aparıram, bir taza şeylər gəlir zehnimə, bir taza şeylər düşünürəm. Tamam, nə olar, belə olar da. Onun üçün dostlar, özlərimizi çox dərin görməyək, çox fərqli görməyək. Yaxşı da bir qulaq asaq, bir öyrəşək. Əslən də indikad eləyək. Yəni mən indi məsələn bir müddətdə biraz tənbəllik tutubdu, yazmıram partilərə görə. Amma məsələn öncəki partilərdə hər partiyə oturdum 2 saat yazı yazırdım. Bugünkü danışığına görə qoyurdum onunla bərabər. İndi fəqət elə soruları qoyuram, cavabları deyirəm ki, cavabları sonra yazacağıq və sonra bu əlbəttə biraz tənbəllikdir, biraz da çox tənbəllikdir. Bizim milli hərəkətdə tənbəllik dərdi də var. İranda bizi tənbəllik öyrədiblər dostlar. Bunu inan. Mən Çinlilərə deyirəm, Çinlilər elədi belədir. Bəzən videolarına baxıram, bəzən bu Asiyalıların, yəni o uzaq Asiya, onların videolarına baxıram. Qızlar görürsün, 3 dənə dirəyi kəsib meşədən ip ilə bağlır. Arıq qızdır, yıxsan 40 kilo deyil, 300 kilo, 400 kilo ağacı alıb belini daşıyır. Görürəm ki, Çin əgər qudrət olur, onların işinin sayəsində qudrət olur. Əgər Kanada qudrət olur, gündə neçə saat işləyirlər. Əgər Türkiyə qudrət olur, gündə 12 saat, 13 saat, 14 saat işləyirlər. Onun sayəsində, iş sayəsində qudrət olar. Əgər istiyoruz beyin qudrəti olaq dostlar, həm eşitməliyik, həm oxumalıyıq, həm bəhsə girməliyik. Bəhsdən qorxma, amma hörmətlə, hörmətlə. Hörmətlə bir-birimizə hörmət qoyaraq oturaq. Mən indi burada dostlarla bəhs edirəm. Herhalde sual soruşuram, amma bəhsə gedir. Çünki suallarda çox şeylər vardı ki, mənim zehnimə oturmur cavablar. Ya fərqli mən düşünürəm. Baxın, mən dünyanı öz gözümlə görürəm, soruları öz gözümlə görürəm. Mən bu soruları yazanda əslində bunlara cavab vermişəm özüm. Yəni əslində mənim zehnimə bunlar niyə gəliblər? Çünki mən bunlara cavab vermişəm. Və indi o beynimdəki olan cavabları bunlarla tutuşdururam. Dostlarımız gəlirlər, partilər gəlirlər bura, onlarla tutuşdururam. Orada mənim beynimdəki olanla onların beynindəki olmayanda bir savaş çıxır. Bir cırıqqa çıxır, bir od partdır, bir mod çıxır. Bu modu mən sual şəklində soruşuram, onlar açıqlarlar. Ya onlar təsir alırlar məndən, ya mən təsir alıram onlardan. Əslində biz değişirik. Yəni diyaloq, danışmaq bizi değişdirir. Və üst-üstə diyaloq bizi yaxşı yerə aparır. Onun üçün dostlar, gəlin belə qoyaq. Deyək ki, mümkündür partilər mən bildiyim şeyləri deyirlər. Amma ki, qulaq asaq, sual soruşaq. Məsələn, mən bunu neçə dəfələr demişəm. Nə yaxşı olar bizim öğrencilərimiz, İranda yaşayan, İran adlı ölkədə yaşayan öğrencilərimiz gedələr, İranda yüzlər parti var, yüzlər əncümən İslami var, yüzlər filan var. Gedələr, bu sualları götürün, print eləyin. Mən qoymuşam webloguma, gedin oradan götürün. Bunları print eləyin, gedin elə o İranda farslardan soruşun. Sən nə düşünürsən bunu? Hətta bunları gedin fərdilərdən soruşun, bireylərdən soruşun. İmamcübələrdən soruşun, nə bilim, ustandarlardan soruşun, bəxşdarlardan soruşun. Bu adam nə düşünür? Gəlib bu bizim iyalətimizdə, bizim şəhrimizdə bir karədir. Rəisi amuzüş pərvərişdir, rəisi filan düşünür. Yox, sən bu sualları nə düşünürsən?
Cavab alaq. Çünki ondan sonra gəlib əsən onu çap edə bilirik. Məsələn, rəis Amuz Pərvəriş Ustadan Azərbaycan Şərqi nə düşünür? Bu sorulara görə. Çünki bu bizim kitablarımızın əlində, uşaqlarımızı vermiş bunun əlinə. Görək bu nə düşünür, necə düşünür? Anlayışı nədir? Siyasilərdən heç olmasa siyasilər, əgər idarələr deyirlər tamam abi biz burada karimendik, bizə idarə nə desə onu işləyirik. Amma siyasilərdən bunu soruşmaq olar, siz nə düşünürsünüz? Və onları baskı altına qoymaq olar. Onların düşüncələrini dəyişdirmək olar. Biz sualı veririk onlara, onları challenge çəksə, bunu kitab eləyəcək. Əslində bir kitab eləyəcək, şeyin kitab eləyib. Bir dənə kitab yazın. Nə yaxşı olar İranda bir dənə məsələn 500 dənə kitab çap olar, məsullarla, hizbilərlə. Bəlli olar ki, bunlar nə düşünürlər? Biz oradan bilərik bunlar faşistlər yox. Oradan bilərik bizim millətin qabağında dururlar. Yoxsa biz durmuşuq qəzavət edirik olmaz. Bəlkə getdiniz biri ilə danışdınız, o çox da Azərbaycancıdır, milliçidir, əsin girib bunların içinə. Güzel bir şey olar. Sizə deyir, bu sualın cavabını demək. Əlbəttə bunlara da inanmayın. Məsələn, biz çox seri mənim özümü Təbrizdə toğlayıblar. Bu sualı deyirəm sənə, amma bunu sən yaymacına, bu çox önəmlidir. Bizim türklərin zərərinə olur. Sonra məsələn 10 il sonra da görmüşəm, mən bunu elə həman cavab görmüşəm ki, yalan deyil. Yalan deyir. Adam istəmir ki, bəlli olsun, ayrı adamlar bilsin ki, bu yalan deyir. Çünki onun cavabını yaysaq, bəlli olar ki, ayrı adamlar deyir, bu yalan deyir. Bəlli olar ki, yalan deyir. Belə bir şey yoxdur. Məsələn, mən şəxsən özümün başına Urmuc gölündə gəldik. Adamı danışdırmadan bir daha, sən demə, Kürdlər durarlar əleyhimizə şey edirlər, biz zapdan su çəkirik bura. Məsələn, 2 ilə gələcək qutaracaq. 25 ildir, 28 ildir o sualdan getir. 84-də, 83-də mən bu sualı soruşmuşam. Yox, 79-da, 80-da. Mən bu sualı soruşmuşam. Hələ də var orada su gələcəkdi. O mənə demişdi, 2 iləcən də su gələcəkdi. Kürdlərdə xəbərləri yoxdur, filan yerdə xəbərləri yoxdur, biz suyu gətiririk. Amma hələ də var ki, gəlməyib. Bu cür şeylərə də diqqətli olmaq, amma gedək soruşaq, soruşmaqdan gələr və sualların qarşısında, cavabların qarşısında təslim olmayaq. Diqqət buyursanız, mən heç sualın qabağında təslim olmuram. Cavabın qabağında, üzrsən. Cavab verirlər dostlar. Amma mən çalışmıram qani olum. Çalışıram challenge edirəm. Çalışıram, misal gətirəm, onları salam challenge-ə. Ki, oradan bir şey ortaya çıxsın. Hər halda, dostlar, bu gün də belə geçsin. Sabahları, yenə də axşam saat, Təbriz vaxtının saat 9-da xidmətinizdə olacağam. Görüşmək ümidi ilə sağ qalın, gecəsi xeyri qalsın.